Salam aleyküm, salam əziz və hörmətli dostlar. Umarım ki keyfiniz sazdır. Bayramımız mübarək olsun, iliniz xoş gəlsin. Umarım ki iliniz ilinizdən xoş gəlsin. Mən bu günləri siyasi danışmayacağam, ictimai danışmayacağam. Sadəcə sizinlə dərdi dil eləyəcəm. Hər bağdan bir alma dərəcəm inşallah. Görürsünüz, bu əgər iştibah eləməsən buğdadır, cücərtmişik. Bura Kanadadır, deyim ki Kanadadayıq biz. Hala o türkçülüğümüzü saxlamışıq və Türk kimi yaşayırıq burada. Kanadalı olmamışıq mütəəssifanə. Adam hangi topluma köçürsə, o toplumdan uyğulanmalıdır. Yəni ona uymalıdır, ona yaxınlaşmalıdır, onu mənimsəməlidir. Yoxsa dışarı atılar, eşiyə atılar, qabağa gedə bilməz. Mütəəssifanə bu da bizə o cürdür. Amma neynəmək? Yəni beyin belə beyindir da, yəni. Ərz edeyim ki, biz çox uymadıq. Yəni mən özümü deyirəm, uşaqlar uyublar, dostlar uyublar, çoxları kanadalaşıblar. Mən uymamışım o qədər. Bunda yaxşı bir şey bilmirəm, bunu deyim. Amma bayrama gəlsək, biz də bayramı burada az da olsa tutduq. Kanadada bayram yoxdur. Onlar ki, bayrama inanırlar, bayrama inanan millətlər var, türklər xüsusən çoxdur. Ondan sonra sünni toplumlarda yoxdur, təqribən demək olar. Şiə toplumdadır, bəzən də sünni toplumlarda türklərdə var, Əfqanistanda biraz orada burada var. Bu cürsü bir şeylər, yəni çox deyil. Yəni bəzi bayramlar var, məsələn Məsihli bayramı, Məsihiyyətin bayramı neçə gün olur? Bir gün olur. Əlbəttə onlarda 2 dənə bayramlar var. Bir Krismas bayramıdır ki, o İsa Məsihin bayramıdır, Həzrəti İsa'nın bayramıdır. Bir də il bayramıdır ki, bir gün olar. Hərəsində bir gün tətil olar, ondan sonra tətil olmaz. Amma biz geri qalmış millətlər hər şeydə ifrat edər, çox. Yəni biz geri qalmış millətlərlə inkişaf eləmiş millətlərin fərqi tətildə bilinər. O millətlər ki, çox inkişaf ediblər texnolojide, elmidə, sənətdə, yaşamda, toplumsal yaşamda, qanunsal yaşamda, demokratik yaşamda, onlarda tətilin mənası azdır. Məsələn, Kanadada 4-5 gün ildə tətil var. Rəsmi tətil 4-5 gün, çox deyil. Onların biri Christmas'dır, biri də New Year'dir. Biri Easter'dir, yəni bugünkü günkü əlan sizinlə danışıramalı Easter'dir. Biri də cümə günü idi, o da yumurta bayramı idi. O cür bir şey. Ərz edeyim, çox yoxdur. Orada burada da bir 2 dənə tətil var da, çox tətili yoxdur. Pəs əlaimlərdən biri ki, bir millət inkişaf edib, bir dalıya qalıbdır. Budur ki, tətili çoxdur. Çünki tətil, yəni dalı qalmaq. Hər nə qədər siz işinizi tətil edirsiniz, dükkanınızı, bazarınızı, kərxananı, iş yerin, fabrikanı, belə ekonomi yatır, belə iqtisad yapır, belə gəlir yatır, belə dünyadan uzaqlaşırsınız. Dünya hər gün alverdədir. Siz alver verməsə, sizin yerinizi ayrı adamdan alacaq. Yəni, bu cür bir dünyada yaşayır. Eyni halda ki, elmi də tətil olur, tekniklə tətil olur, işlə tətil olur, hər şey tətil olur. Bu 15 gün, 20 gün İran adlanan məmləkətdə tətildə, məsələn, bəzi məmləkətdə Qurban bayramında çox uzun tətillər var. Bu, dalı qalmaq, geri qalmaq əlamətidir. Dünyada iş hər şeydən önəmlidir, iş hər şeydən önəmlidir, iş hər şeydən önəmlidir. Buna görə ki, hər kəs profesor olasın, dünyanın ən əqıllı adam olasın, pulun olmasa adam hesablamazlar. Pulun olsa, ağlın olmasın, ədəbin də olmasın, dünyanın ən yaxşı adam olarsan,
Çünki pul insanlara şəxsiyyət verir. İnsanların beynindəki qəzavət sistemin pul onun üstündədir. Pul yəni qəzavət sistemin idarə edir. Siz Amerikadan niyə xoşunuz gəlir? Çünki siz pullu bir yerdir, oraya siz pullanacaqsınız. Onun üçün oranın yaxçılıqlarını görürsünüz, pisliklərini görmürsünüz. Bu, çünki pul belə bir oyundur. Pul yeryüzünün Allahıdır. İndi feildən yeryüzündə Allah puldur. Ayrı bir şey yoxdur. Hər kəs hər nə deyir, yalandır. Və dünyada tamam güclər, diktatorlar, zadlar ki, hökuməti ələ geçirirlər, orada ələ geçirir. Bunların hamısının amacları, hədəfləri budur ki, pul ələ gətirsinlər. Yəni, nə qədər çox güclənirsə, belə çox pul ələ gətirsin. Və pul o qədər önəmlidir ki, dünyada savaşların %99.99'unun səbəbi və sonucu puldur, sərvətdir. Adam öldürürlər pul üçün, oğurluq edirlər pul üçün, ixtilas edirlər pul üçün, xəyanət edirlər pul üçün, savaş salırlar pul üçün, beylənlər savaş salırlar pul üçün, bir məmləkəti dağıdırlar pul üçün, hamısı pul üçün. Hər kəs deyir, yox, yalandır. Yəni, bunlara inanmayın, bunlar sadəcə propaganda və yalandırlar, bundan izafə bir şey deyil. Onun üçün, bu inkişaf eləmiş, gəlişmiş, farsca tovsə-yaftə deyirlər. Tovsə-yaftə məmləkətlər tətilləri çox azdır. İşdə çox ağır və çox sistematikdir. Yəni, məsələn, mən bu günlər gedirəm bir dana yerdə, hər yerdə işləyirəm. Onun bir sistemi var. O sistemi qəbul eləməsəm, o işə gedən mənim. O sistem budur. Məsələn, maşın sürürsən, maşın sürmağın özünün bir sarı cılıtxası var. Onu giyəcəksən, heç olmasa, seyfitiliya, bunu giyirsən. Bir başmaq vardır, dəmir başmaq, onu giyəcəksən. Paltarın gərək bu cür olsun, o cür olsun. Bunların hamısı kod deyirlər adına, yəni qanun, müqərrərat. O işin müqərrəratı var, ondan gedəcəksən qabağa. Mütəəssifanə, İranda belə bir şey yoxdur. Bu birinci bağçadan gelişmiş məmləkətlərdən, onun üçün də dünyanı 3 yerə bölüblər. Da deyiblər ki, qədimki, indi dəyişib bəlkə, xəbərim yoxdur. Dünyanı 3 yerə bölüblər, millətləri, məmləkətləri 3 yerə bölüblər. İnkişaf eləmiş məmləkətlər, yəni tovsə tapmış məmləkətlər, hətta tovsəni geçmiş, inkişafı geçmiş məmləkətlər. Postmodernizm. Yəni modern olublar, modernizətli geçiblər. Onlar onu geçiblər, pəs ediblər, gediblər, bunlar çox inkişaf eləmiş məmləkətlər. Amerikada, Avropada bunlar çoxdur, yəni bunlar görürük ki, bu məmləkətlər. Bu əslində desək, Məsihi dünyası, indi biraz da Çin, əlbəttə Çin ekonomi cəhətindən, tolid cəhətindən çox yuxarıdır. Amma bu iki millət ondan nə qədər faydalanır, xəbərim yoxdur, mən orada qəzavət eləmirəm. Çünki bu postmodern məmləkətlərdə, yəni onlar ki, modernizasiyonu keçiblər, indi bir ayrı mərhələyə keçiblər ki, internet dünyasıdır və AI dünyası. Yəni, bu günlarda insanlar çox şeyə fikirləşmirlər, çox şeyi düzəltmirlər. Bunları kompüterlər düzəldir. Bir dənə sual verirsən, əlbəttə, indi bunun da haqqında bəlkə danışdıq. Mən özüm, məsələn, 2 gün öncə dedim ki, görək, türklərə görə dünyada AI nə bilir? Ən deyirlər, yaxçı AI ki, gündə update olubdur, up-to-date olubdur. Yəni, canlı olaraq hər ləhzənin məlumatı onda var. Bu, Microsoft'ın AI-ı ki, adı Pilot'dır, Co-Pilot. Bu Co-Pilot şeydən gəlir, farsca kömək xələban deyirlər. Ondan gəlir, oradan alıblar. Yəni, siz oturmuşsunuz kompüterin dalısında ya bir şey yazırsınız, bir kömək alırsınız özdə. Co-Pilot alırsınız. Bu bir AI-dir, bir maşındır, bir kompüterdir. Ondan kömək alırsınız. Cəlibdir ki, bu AI-ın mən onu yayacağım, bəlkə də bir seri canlı yayın qoydum, görsətdim ki, AI nə qədər feylən gəlişməyibdir və brainwash olubdur. Brainwash nədir dostlar? Beyni yıxanmaq nədir? Bunu da mən çox işlədirəm, dostlar işlətmirlər, az işlədirlər. O da budur. O ittilatı ki, siz verirsiniz maşına, onu təkrar edir. Cəlibdir, məsələn,
o ittilaat ki farslar veriblər internetə, EA də o AI da onu alır, o maşın da onu alır, o kompüter də onu alır, onu sizə suallarınıza cavab verir. Deyirsən ki, bu qələtdir, üzr istəyir ki, mən qəsdim yoxdur, məndə belə ittilaat veriblər. Buna deyirlər brainwash, çünki onun məlumatı, o məlumatdır ki, dövlət veribdir, buradan qəşəng məlum olur. Dövlət verdiyi kanalizə olduğu ya əksəriyyət o məqalələr ki, oradadır, onu alır, ondan sizə cavab verir. Dənizi qələtdir. Mən türklərə görə 2 saat EA ilə güləşdim, axirdə gördüm ki, hətta amarlar ki, verdi, amarlar qələt oldu. Məsələn, bir dəfə İranda dedi ki, türklərin sayı 25 milyondur, bir dəfə dedi 12 milyondur. Yəni, bu qədər fərq edir. 1 milyon, 2 milyon yox, bu iştibat bizdə də olur. Məsələn, deyir ki, türklər 35 milyonla 40 milyon arasında İranda türk var. 5 milyon az adad deyil ki, 5 milyon dünyada 70 dənə məmləkətin cəmiyyəti cəmdir. Yəni 70 dənə məmləkət var ki, cəmiyyəti 5 milyondan azdır. Və siz deyəndə ki, 35 milyon, 40 milyon arasında ya 40 milyon, 45 milyon arasında, yəni ki, 70 milyon cəmiyyəti bilmirsiniz ki, bu doğru deyil. Siz bunu biraz amarları daha dəqiq danışmaq. 40 milyon, tamam, heç olmasa bunda fiks eləyək. Hamımız müvafiq olaq ki, 40 milyon burada cəmiyyət var. 35 milyon deyirik, yox, 35 milyon var. Onun da ədədi çox rahatdır. Yəni, onun da ədədini ələ gətirmək rahatdır. Amma hər halda, bu EA məsələsi çox ciddi bir məsələdir, etimad eləməyin. Bəzi köməkliklər eləyə bilər sizə, amma diqqətli olun. 3-4 dənə ayrı EA-dan soruşmalısınız, özünüz baxmalısınız mənbələrə. Onlardan. Hər halda, inkişaf eləmiş məmləkətlərin biri bəs oldu, onlar ki, çox postmodern olublar, modernizasını da keçiblər AI dünyasına. Qalıqdan elmidə bölürlər dünyanı 3 dənə kəhkəşana, 3 dənə mərhəliyə. Deyirlər ki, o zaman ki, xət yoxdur, insanlar yaza bilmirlər. Bu bir dövrüdür. Yaza bilmədikləri üçün də təcrübələr bizə gəlib o qədər çatmayıbdır. Bilmirik o dövrədə nə keçibdir. Məsələn, kuruş var ya yox, bilmirik. Anatomrus var ya yox, bilmirik. Çünki o vaxtda tarix yoxdur. Yazar yoxdur, yazı yoxdur. Ki, bizə gələr kuruş var ya yoxdur. Bu bir dənə yoxudur görürük. Elə bir deyək ki, məsələn, 7 başlı əjdaha var idi. Heç dəlilimiz yoxdur ki, 7 başlı əjdaha var idi. Xiyaldır, bu bir dənə xiyaldır, bundan ötəsi yoxdur. O ikinci mərhələ, o mərhələdir ki, insanlar xətti ixtira ediblər. Xəttin də müxtəlif şəkli var da, nəqqaşə şəklində olubdur, mix kimi yazılıbdır ki, ona indi bizim dostlarımız çox gözəl deyirlər ki, bu mix xətti deyil. Bəlkə bu ad qoyublar, əlbəttə mən indi zehnindən üşdü elə, ağzımda üşdü getdi. Ərz edeyim ki, belə bir sistemdən danışırlar, deyirlər ki, xətt icad olubdur, sonra yavaş-yavaş gəlibdir. Məsələn, ərəblər Sumer xəttini alıblar, Sumer xəttindən yavaş-yavaş düzəldiblər. İranda xətt yoxdur. Hətta o şey ki, deyirlər, kuruşu yazıbdır, ki, yazmayıbdır. Onu da Əraqlılar veriblər zahirən və ona tay milyonları var Əraqda, Suriyədə, Türkiyədə. Minləri deyim, yox milyonları, yüzlər min var. Çünki Sumer imperatorluğunun yazı sistemidir və onu da onların üstünə yazılmışlar və göndərilmişlər o üzbüzə, ya hətta onları qəltək deyirlər indi farsça, fırladırmışlar yaş torpağın, xəmir torpağın üstünə, palçığın üstünə, palçığın üstündə o, məsələn, 50 dana göndərəcəklər, 50 fərmandihə. Onu belə üstündə fırladırmışlar, nəxşəsi fotokopu kimi düşürmüş onun üstünə. Ona görə onlar yumrudular. Yumru düzəliblər ki, onları belə fırladalar, onun əksi düşər o xəmirə, o xəmiri qurudalar, ya bişirələr, göndərələr o mərhələyə. Bir o mərhələdir, yəni xət var, biz bilirik ki, xət var. O kuruş dedikləri xət farsıcan deyil, pəhləvican deyil. Sumercədir, nə bilim, Əkkədcədir, nə bilim, ayrıcadır. Hər halda farsça deyil, hətta əski farsça da deyil. Bunlar hamısı yalandır. Farsça, əski farsça yoxdur. Mən bunu haqqında danışmışam. Farsça taza bir dildir. Çox tazadır, ömrü tazadır. Hindistandan gəlmə bir dildir. Hindilərin dilinin əsasındadır. Türklər yaradıblar, mütəəssifanə yox, xoşbəxtanə. Türklər çox dil yaradıblar.
ağıllı millətdirlər, düşüncəli millətdirlər, imperator quran millətdirlər. Dünyada təhcə millətdir dostlar ki, imperatorluq qurublar və imperatorluqlarının dövlətçilikləri, imperatorluq deməyim, arası kəsilməyibdir. Baxın, ən böyük imperatorluq ki deyirlər var idi, İngilistan. Deyirlər da, indi məsələn deyirlər ki, onun üstündə gün batmazdı. İngilistan. İngilistanın imperatorluğu 100 ili çəkmədi. 100 ildə qutardı getdi. O halda ki, məsələn, Qacar imperatorluğu ki, imperatorluq deyil məncə, mənim şəxsi dəlillərə görə, siyasi dəlil, iqtisadi dəlilə görə, qanunların dəlilinə görə, məncə Osmanlının bir parçasıdır. Onun üçün də ordusu yoxdur, onun üçün də hər şeyi oradan gəlir, oradan alır, onu kopi edir və onu yaradır. Qacar dövləti. Amma Qacar dövləti məsələn 130 ilə yaxın ömr eləyibdir. O halda ki, şey yox. Amma Səfəvi məsələn, Səfəvi dövləti o da 150 ilə yaxın, 200 ilə yaxın ömr eləyibdir. Əgər keçsək Osmanlıya, Osmanlı 700 ilə yaxın ömr eləyibdir. Yəni, diqqət buyurun. O halda ki, məsələn, heç bir imperatorluq bu qədər uzun ömrü olmayıbdır. Bunu da keçək, bu da önəm daşımır. Hər halda biz belə bir millətuq, çox dövlətlər qurmuşuq, yıxılıb dövlətlərimiz, yıxıblar dövlətlərimizi, qəflətə düşmüşük, tazaşdan qurmuşuq. Bu bir şeydir. Bir ərəb məsəl yazmışdım, telefonum indi orada da olmur, onu sizə oradan şey edəyəm. Yazmış, əgər bir şey istəyirsən, gərək zəhmətinə dözəsən. Əgər bir hökumət istəyirsən, onun zəhmətinə düzəcəksən, onu ölü verəcəksən, öldürəcəksən, savaşacaqsan, evin yıxılacaq, evləri yıxacaqsan. Bu, savaşın təbiətidir. Yəni, indi Ukrayna, Rusiyada, ya İsrail ilə Filistin arasında, ya Suriyə ilə o birisi yerlərin arasında noxud paylamırlar, kişmiş paylamırlar, qəmnadi paylamırlar, şirini paylamırlar. Elə adamı öldürürlər, evi yıxılır, ev düzəlir, amma dövlət düzəltmək sistemidir. Yəni, orada dövlətçilik savaşır. Mən bunu çox-çox müqəddəs bilirəm. Bu, dünyanın vaqiyyətidir. Yəni, dünyada bir vaqiyyət, biz bunu şey eləyə bilmək. İkinci kəhkəşan xətt kəhkəşandır, onu dedik. Və buradan da gəldik bura ki, dünyanı da ötök yerə bölmüşlər, geçmişlər filan. İndi, üçüncü kəhkəşan radyo, Marconi adını qoyublar. Deyiblər, radyo düzələndən sonra insanlar qabaqcan yazı ilə bir-birləri ilə danışırlar və yazı çox bahiydi, dostlar. Çox bahiydi. Yəni, çapdan qabaq, Gutenberg deyirlər onda, yəni bu inqilabın adına Gutenberg deyirlər, yazı inqilabını, çap inqilabı deyirlər adına. Bu çap inqilabında Gutenberg o günə qədər, yəni o zamana qədər kitab çox bahiydi. Çünki siz istəyirsiniz bir dənə kitab alasınız, bu kitabxana yox idi, gedib alasınız, kitab belə bir şey yox idi. Şəhərdə 5 nəfər, 10 nəfər, 50 nəfərin savadı var idi, yazı xəttləri var idi, yaza bilirdilər, pisdən yaxçıdan. Mühüm deyil ki, çox gözəl, çox yox. Amma bunların işi buydu ki, bunlar adına nüsxə deyirdilər, nüsxə götürən, fotokopiçi, indiki dillə desək, copy-paste. Bunların işi buydu ki, məsələn, mən bir kitab istirdim oxuyan, gedirdim, dədəmdə pul var, məni qoyur mədrəsiyə, onun pulunu verməlidir. Mən istəyirəm bir kitab alam, gedirdim, məsələn, o zamanın məktəbinə, hər nə məktəb idi, o məktəb idi. Gedirdim o məktəbə, istəyirdim bir kitab alam. Gedirdim bu kitab nüsxə götürənin yanına, deyirdim ki, məsələn, Zəməxşərinin kitabından, filan kitabından mən bir dana nüsxə istəyirəm. O da deyirdi ki, bunu yazmaq məsələn mənə çəkər 2 həftə ya 2 ay, mənim də əl-muzdum bir belilər. 2 ayın əl-muzdusunu alırdı, 2 həftənin əl-muzdusunu alırdı, otururdu o kitabı yazırdı, o kitabı mən gedirdim ondan alırdım, gəldim dərs oxudum. Bunun üçün savad çox çətin savadlı olurdu, çünki çox baha idi. Savadla. Bu iki görürsünüz dünyada birdən deyirlər, müsəlmanlarda Əbu Əli Sina çıxıbdı, hamma Əbu Əli Sina olmaz. Buna görə ki, Əbu Əli Sina öz dövrəsində, məsələn, Əbu Əli Sina dövrəsində, məsələn, dərs oxuyanların sayı bəlkə o İslam imperatorluğunda, məsələn, 1000 nəfər deyildi. İndi burada deyirlər, İmam Sadiqin 4000 dana şagirdi var idi. İmam Sadiq 4000 nəfərə səs yetişməz, dostlar, biləndiği gərək olan. 4000 nəfərə dərs vermək olmaz. Fikrin bir daha salon var. Məsələn, getmişsiniz futbol meydanına da getmişsiniz. Futbol meydanında 4000 nəfər oturub çəməndə siz də onlara dərs deyirsiniz. Görün gərək o İmam Sadiqin səsi nə qədər gür ola, ora yetişə. O başa yetişə. O adamlar eşidənlər İmam Sadiq nə deyir? Bunun üçün yalandır. Bunların hamısı yalandır. Bunları ötürün kənara. Kitabı hardan tapacaqdır? 4000 nəfər hardan da burada bu pulu apara kitab ala?
Pulu yox idi kitab alarlar. O kitabları kim yazacaqdı 4000 nəfərə? Yəni o şəhərdə 8000 nəfər, 20000 nəfər kitab yazan olaydı, nüsxə yazan olaydı ki, o kitabları yazıydı, veriydi bu adamlara. Bəs bu da yalandır. Və bunların çox şeylər tarixdə bizə deyiblər yalandır. İnanmayın. Amma çap neynədir? Çap gəldi bir dənə kitabı çox baha idi, yenə də baha idi. Kitabı gəlirdi, hurufçinlik elirdi. Yəni əlifba qurğuşunla tökdülər, əlifbanı tökdülər. Hər məsələn əlifdən 1 milyon dana, B-dən 1 milyon dana, T-dən 1 milyon. Bu cüzə hərəsindən 1 milyon dana tökdülər. Hərəsini də yığdılar qablara, belə gətirdi qoydu qabağına. İndi istəyir məsələn yaza selamun əleykum. S buradan götürür qoyur bura, L buradan götürür qoyur bura, A buradan götürür qoyur bura, buradan M götürür qoyur bura, olur salam. Sonra bunları bağlayırlar bir-birinə, sistemi var. Sonra bunların üstünə mürəkkəb çəkirlər, qoyurlar dəstgaha, dəstgaha qoyandan sonra mürəkkəb vururlar, mürəkkəblə dəstgah gəlir oturur kağızın üstündə, hər nəyin üstünə qoysun, onun üstünə əksi düşür. Bunun üçün eləyə bildilər, bir dana səhvə ki yazdılar, bir dana kitabı ki o cürsə dənə-dənə hərfləri qoydular, bir-birinin dibinə düzəltdilər, ondan eləyə bildilər, məsələn 100 min dana çap eləyərlər. Eləyə bilirdi, bu imkan vardı, aradan aparmırdılar, o çapı ilə bağlar qoyurdu, qalırdı orada. Yenə də lazım olsa yenə də götürürdülər. Yenə də əlifba alırdılar əvəzinə. Ucuz olurdu. Yenə baha olurdu, amma kitab üçün 100 min dana çap olurdu. Əvvələ qiymət gəldi aşağıya, sonra savab çox oldu. Çünki məsələn qiymətli kitabın birinə deyək, məsələn bugünkü gündən, Kanadada o günləri geçsəydik biz ya İranda məsələn bu günləri 12 milyon deyiblər ki, hüququn ən əzə şahısıdır. Ən aşağı gəlir, karicənin, işçinin, əməllərin gəliri 12 milyon neçə yüzdür. İndi 12 milyona bir dana mütəxəssis işləməz. Məsələn, bir dana döktür 12 milyona işləməz. Bir dana mühəndis 12 milyona işləməz. O zaman da onlar çox yuxarı mütəxəssisdirlər. Döktürlərdən hətta yuxarı mütəxəssis hesab olurdular. Bunun üçün məsələn, geçsəydi orada deyirdi ki, mənim ayım məsələn 50 milyondur. 2 ayda bu kitabını istəyəcəm 100 milyon. Siz 100 milyona istəyəsiniz, indi baxın görün nə qədər çətin olardı, hesab oxumaq. İndi siz ayda 12 milyon işləyəsiniz, istəyəsiniz 100 milyona bir kitab alasınız. Gərək 12 ay işləyəsiniz, verəsiniz, kitab alasınız, özdə hesab yeməyəsiniz. Bu qədər kitab baha idi. Amma çapdan sonra kitab birdən o 100 milyon kitab gəldi, oldu neçə? Oldu məsələn 10 tümən, 5 tümən. İndi məsələn, yox Təbrizdə, İranda satırlar məsələn 100 min, 200 min, 300 min, 500 minə. Bu qədər qiymət gəldi aşağıya, qiymət gəldi aşağıya insanlar eləyə bilirlər ki, dərs oxuyurlar. Bunun üçün əgər bir nəfər sizə deyir ki, danışqah var idi, Condi Şapur, onda deyin ki, onlar hangi kitablar oxurdular, nəcir oxurdular, hardan gəlirdi, nəcir yazırdılar, hangi əlifba ilə yazırdılar, nə ilə yazırdılar, nə ilə, neçə, məsələn, bir də deyirlər Təbrizdə o şeydə 4000 dana alim var idi. Rəbi Rəşididən. Axı gedək görək o 4000 nəfər ora etindir, Rəbi Rəşidinin xərabələrinə 4000 nəfər adam yerləşər ki, yax bunun da içində 4000 dana adam var idi, arvad uşaqları ilə gəlmişlər, burada bir şəhər var idi, orada yaşırdılar oranın. Bunlar yalandılar. Yəni, biz bunları biraz ağıllı baxmalıyıq. Ondan sonra hangi kəhkəşan başladı? Radyo kəhkəşanı başladı. Çapdan sonra. Radyo kəhkəşanı insanı qeytərdə şəfahi dövrüyə. Yəni, savadsızlar ki, kitab oxuya bilmirdilər, tarix boyu yazılsaydı da, indi radyo onlara şey oldu. Onun üçün ondan ölçürdülər. Bir millət nə qədər inkişaf edibdir? Məsələn, Amerikada bəzən deyirlər, hər evdə 4 dana, ya adam başına 4 radyo var. Bunu mən taza oxudum. Ki, adam başına radyo dövrəsində Amerikada hər nəfərə 4 radyo varmış. Əlbəttə bilirsiniz, Amerikada da bir sistem var. Məsələn, bu bizlərdə fərqli sistem var, şərqidə. O da budur. Amerika qoymaz short wave olsun. Qısa dalğalı radyolar yoxdur Amerikada. Amerikada ya FM-dir ya da böyük dalğalardır ki, yəni Amerikanın özü tuta bilər. Onun üçün radyolar Rusiyəni tutanmazlar, İranı tutanmazlar, Almanı tutanmazlar, Fransəni tutanmazlar. Niyə? Buna görə ki, burada da demokrasinin özürlüğünə baxmayın. Demokrasi burada məsələn, Çin bura təbliğat eləyə bilməz. Çünki radiolar tutmaz, televizyonlar tutmaz Çin'i. Əlbəttə, indi müharibələr dövrəsində danışsaq, o fərqlidir. Radio o cürsə oldu. Ondan sonra televizyon dövrəsi gəldi, ondan sonra internet dövrəsi gəldi. İndi internet dövrəsi keçdi, dostlar. İndi dahi heykəl düzəltmək, mücəssəmə, heykəl düzəltmək dahi AI-lar düzəldir, kompüterlər düzəldir. Tərrahlıqlar.
o dəstgahlar ki, düzəldənmirdi, insan başarmırdı, necə düzəlsin, onu dəstgahlar düzəldir. Hətta indi saxtımanları belə dəstgahlar düzəldir, bəlnafəhlə işlətmir. Çox əcib bir dövrə keçirik və bu dövr postmoderni hətta keçəcəkdir. Bu, indi o gəlişmiş dövlətlərdən danışdıq. İqtisaddan da biraz danışdıq ki, bayram bizim başımıza geri qalmaqların birinci səbəbi odur. Bizdə AI-ya geçməmişik, internetə geçməmişik. Orada internet sansur olur, qoymurlar şey olsun, elimiz bağlanır falan. Bunlar yəni ki, biz hələ feylən modernitəyə getməmişik. İndi modernizm nədir dostlar? Modernizm dedik ki, modern mərhələsində indi İran məsələn girib modernitəyə. Deyirlər Rza Şah pedəri modernitəyi İran. İranın modernizminin dədəsidir. Rza Şahın savadı yox idi. Əslində bilmirdi modernitə nədir. Dünyadan heç xəbər yox idi. Heç bir dənə lat savadsız bir adam idi. Fürsət gəlmişdi əlinə. Hər latda bilirsiniz, hər yerdə nə eşitsə onu təkrar edər, tuti kimi. O da tuti kimi icra edirdi. Heç zat bilmirdi. Heç zat bilmirdi. Amma bilirsiniz, hər lat hangi məhəllədə lotu olsa, o məhəlləni kəsər şeylər. Yəni, bu lotluğun adətidir. Rza Palani də bir dənə lot idi o mərhələdə. Amma o mərhələdən bizə gətirdilər, bir şey verdilər. Modernitəyə dedilər. Amma baxaq ki, modernitəyə girmişik ya yox. İndi modernitədə deyirik. Kanadada, Amerikada tətilat yoxdur, burada tətilat çoxdur. Hala imamları, peyğəmbərləri çıxaq, onlar da müqəddəs yerlərində, amma 1000 ildə ölüblər, 5000 ildə ölüblər, 1400 ildə ölüblər. Bunlar gediblər, Allah rəhmət eləsin deyəcək, keçsin dalısın. Amma bugün biz yaşırıq, biz yaşamağa məhkumuq. Onlar özləri də diri olan çağı ölünü aparıb quyuləyəndən sonra gedirlər, işləyirdilər, işləri tətil eləmirdilər. Necə biz indi 1400 il sonra oturmuşuq, filan imam ölüb, filan peyğəmbər ölübdür, yaxşı gedirik, məsələn, işimizi tətil edirik. Birinin ikisini okey də, işimizi tərk edib, tamam, beləsi bir filanımıza eləməməliyik. Ondan sonra modernitədə çünki pul çox önəmlidir. Dedik ki, pul yer üzünün Allahıdır. Hər kəs hər nə deyir, yalandır. Dinçilik da pulluların əlindədir. Hər kəs dininizi istəyir desin ki, biz din yox, gəlsin Kanadanı görsün, Amerikanı görsün, Avropanı görsün. Görsün ki, burada adamlar dinlidirlər. Kilisanın sayı Təbrizdə, Tehranda, Məşəddə, Qumda, məsciddən çoxdur. İstanbulda ki, deyirlər məsciddədir, hər yerə məscid əkiblər, oradan çoxdur. Belə Torontoda kilisanın sayı İstanbuldan çoxdur. Bu birincisi. İkincisi bu ki, dinçilik dostlar, yaşam tərzidir. Danışmaq tərzi deyil. Mən müsəlmanam yox. Müsəlmançılığın bir adab usulu var. Onu yaşamırsan, dərdə dəyməz. Məsələn, deyib ki, israf eləmə. Modernitədə deyir ki, pul mühümdür. Pulu atmayacaqsan eşiyə. Məsələn, bunu misal bıraq. Benzinin bu günləri benzinin qiyməti $1 59 sent, 60 sent, 61 sent, bəzi yerdə 70 sentəcən qalxıbdır. Adamlar burada gedib, məsələn, o iki 59.9'da 60 deyil, ondan alır, 60'dan alır. Məsələn, 100 litr vursa 1 sent eləyəcək, amma gedir ondan alır. Üzrəm, 10 litrdə 1 sent eləyəcəkdir. O 1 sent üçün gedib o birisindən vurmur, bundan vurur. Çünki deyir ki, əgər bu ikisi də benzindirsə, mən o ki ucuzda onu vuracaqam. Çünki pul mühümdür, bu pulu qazanmaq mühümdür. Və bunu mən əlinlə eşiyə atmamalıyım. Onun üçün gedirsiniz, alverə görürsünüz ki, məsələn, biz Türk olaraq, mən özümü deyim, mən hətta Türkiyəyə də gedimdə bu mərəzçiliği özümdən daşırdım. Təkəm, yaşıram məsələn, gedirəm alverə, məsələn, bir dana, iki dana heç suda almazdım. Gedəndə məsələn, 1 kilo, 2 kilo, 3 kilo alırım. İndi də məsələn, burada da gedib bir meyvə alanda 1 kilo, 2 kilo ilə alırım. Yəni, məsələn, yarım kilo alım yoxdur. Amma görürsünüz, Kanadalılar gəlib də sayla alır. Məsələn, bu həftə 2 dana alma yiyəcəm, 2 dana alım alır. 2 dana portakal yiyəcəm, onu alır. Bir dana əmrut yiyəcəm, onu alır. Bir dana kivi yiyəcəm, onu alır. Onu alır. Məsələn, 2 dana yer kökü lazım olacaq, o 2 dana yer kökünü alır. Nə bilim, bir dana məsələn soğan lazım olacaq, o bir dana soğanı alır. İzafə almır. Ki, qala, xərab ola, cücəriyə ateş yiyir. Yox, belə bir şey yoxdur. Deyir ki, mənə lazım olanı alacağım, çünki puldur, pulu qazanmaq çətindir.
Pulu xərcləmək rahatdır. Amma mən bunu atsam eşiyə xərcləmirəm, atıram eşiyə. Niyə atım eşiyə deyə pulun saxlar. İndi buradan gəlirik, geri qalmışdıq, İrana gəlirik. İranın rəsmlərindən biri budur. Bu 2 dənə görürsünüz də biz düzəltmişik. Bu deyin ki 100 gram buğdadır. Yapazı 100 gram da. Mən fikirlərim ki çox olar. 200 gram olar. 15 gündə buna, 20 gündə buna su vermişik. Buna vaxt qoymuşuq. Nazına yetişmişik. Dövrəsində bundan bağlamışıq. Bir dənə belə bir şey bağlamışıq. Gözəl görsənsin. Bu qabı ona qoymuşuq. Bu mizi işğal edibdir. Bunlar hamısı xərcdir. Enerji işğal edibdir. Hava məsrəf edibdir. Filan bəhmən. Bu olubdur bir dənə gözəl belə bir səbzi. Göyərti. Göyərti olubdur. Buğdadır. Göyərib gəlibdir. İndi geri qalmış millətlər nə edirlər? Geri qalmış millətlər nə edirlər? Bunu keçsəz Kanadada hangi dükkana geçsəz bunu alsaq, orada ili başa-başına bunu beləsi satırlar. Ha, elə beləsi qoyublar bir dənə şeyin içinə, plastik qabın içinə, beləsi alırsan, gətirsən. Bunun alırlar, gətirirlər, itinə pişik yiyir. Buna 10 dolar pul verəcəksiniz. 10 dolar bunun pulu olacaq. 15 dolar pul olacaq. Qalb hangi dükkandan alırsınız? Ucuz alsınız 10 dolar, baha alsınız 20 dolar. Bunu alacaqsınız, gətirəcəksiniz, evinizdə qoyacaqsınız. Həm bunun gözəlliyindən ləzzət aparacaqsınız. Həm sizin pişiyiniz bunu yiyəcəkdir. Bilirsiniz, heyvanlar insan kimi dəyəcəklər döktürə. Heyvanlar mərizliyəndə gedirlər, əgər ötürsəz eşiyə, eşikdə özləri gedirlər, o tərəfdən birin ki, onların mərizçılıqlarını dava elər, onu yiyərlər, şəfa taparlar. İnsan bu cür deyil, mütəəssifانه insan da bu cür imiş qədimlər, amma indi onu əldən vermişik. Xanımlar ki, yeriklərlər, o hamilə olan xanımlar, uşaqları boylu olanda, xanımlar, biz türkçə boylu deyirik, hamilə demirik, hamilə ələbcədir. Boylu olan xanımlar yeriklərlər. Yerikləyəndə biri görürsünüz ki, qarpıza yeriklir, biri almaya yeriklir, biri turşuya yeriklir, biri nə bilim xiyara, biri badımcana, biri hər bir şeyə yeriklir. Hətta məsələn, mən görmüşəm, Mülük deyə bir kət var idi, orada xanımlar qırmızı ət torpağına yeriklərdilər. Niyə deməyinən ki, bu qırmızı ət torpağı, dostlar, şeydir, dəmirdir. İçində dəmiri var. O dəmir olduğu üçün xanımlar dəmirləri bədəndə az olduğu üçün dəmirdə qanı qırmızı eləyən şey dəmirdir. Bəzi heyvanların ya bəzi ağaçların zaten görürsünüz ki suyu ayrı rəngdir, yaşıldır. Heyvan öldürürsünüz görürsünüz suyu yaşıldır ya suyu ağdır. Onun qanı canındakı. İlləti budur ki onun dəmiri yoxdur. Ona dəmir, əgər o torpaqlı dəmiri olan torpaqda əksəz imkanı olsa, onun suyu qırmızı olar. Bizim də qanımız niyə qırmızıdır? Çünki bunun içində dəmiri var. Dəmir onu qırmızı edibdir. İndi o xanımlar yeriklirdilər, o zamandan qalıb, insanın canında o zamandan qalıb ki, bir şey canında əskik olsa, onu yeriklər. Gedər onu yiyər. Məsələn, bunu mən özüm zindanda olanda balığa yerikləmişəm, yumurtaya yerikləmişəm. Görmüşəm ki, əskikdir, evdən pul istəmişəm, gətiriblər. Məsələn, vermişəm, balıq konservi almışam qutuda, onu orada bişirmişəm. Məsələn, yumurta ilə də qatmışam, onu yemişəm, o aradan gelir. Çünki yəni, bədən insanda belə bir şey var. Siz əgər bir şeyi çox göylüz istəyirsə, yeriklirsiniz. Çox göylüz istəyirsə, hər nəyi çox göylüz istəyirsə, hə, bəzi şeylər var, ehtiyatdır, onlar yox. Məsələn, çörək ehtiyat gətirir. Çörək özü mutat edir adamı. Çörəyin içində bir maddə var. Siz onu bir müddət yeyəndən sonra onu yeməsəz darıxırsınız. Göylüz istəyir. Bu ehtiyat, onun içində bir maddə var, ehtiyat gətirir. Məsələn, şəqqənə deyə bir şey var. Gül var. Şəqqənə. Farsda şəqaiq deyirlər. Biz şəqqənə deyirik. O məsələn, onu siz bir müddət yesəz, o ehtiyat gətirər. Hətta mən Tim Horton deyə bir qəhvə satırlar Kanadada. Onun içmişdilər, mən özüm içmərəm. Onu içmişdi, bizim evdən də içirlər. Yumuşduq, verilmişdik, uşaq oynurdu. Mən onun içinə su doldurduğum içində gördüm ki, bu şəqqənə iyi verir. Gördüm ki, niyə insanlar buna mutada olublar? Çünki bunun içinə az da olsa şəqqənə vururlar. Siz bir müddət içəndən sonra onu darıxırsınız, onu alırsınız. Ayrı qəhvə içənmirsiniz. Bu da yenə nədir? Oradandır. Yəni, mutat olursunuz. Siqar çəkmək bir mutat, ehtiyatdır. Məsələn, mən kitab oxumağa mutat idim, mən ruznamə oxumağa mutat idim. Bunlar mutaddırlar. Adam bir müddətdən sonra bunlara ehtiyat tapır. Adətə çevrilir, türkçüsü desək, beləsi. İndi,
Amma o şey ki siz adət eləməmisiniz, onu əgər göylüz istəyirsə yeyəsiz, içəsiz görə, o şeydir. O bədəninizdə yer ekləməkdir. Heyvanlarda da bu yer ekləmək gedir, o göy-göyərəntini tapır, o çəməni tapır, o hər nədir onu tapır, onu yeyir, ondan özünü dərman edir. Amma indi ki pişikləri, itləri evlərdə saxlayırlar, qoymurlar xiyabana, küçüyə, çölə, onda bu göyləri alırlar, gətirirlər, verirlər ona. İndi siz bu evdə diqqət buyurun, bu mən dünənlərdə dostlardan soruşdum, məsələn qoyun əti İranda 600 min, 700 mindir, Kanadada yap bu günləri baxdım, kilo məsələn gəlib çıxdı 11 dolara. Yəni sizdən ucuza, qoyunun əti sizdən ucuza çıxır. Məsələn çıxır 450 dolara, 50 min tümənə. Kilo qoyunun əti Kanadada. Siz indi buna deyək ki 10 min deməyək da, deyək indi bu Kanadada 10 dolar olanda İranda olur 400 min tümən. Usulən 450 min tümənə yaxın pul verir. 450 min tümən bunun qiymətidir deyək. Siz buna zəhmət çəkmisiniz, 15 gün, 20 gün su vermişsiniz, buna yetişmişsiniz, saxlamışsınız. Bu gün götürürsünüz, aparırsınız, atırsınız eşiyə. Nə ediniz? Neməti küfr ediniz. Geri qalmışlığı görsətdik. Millət olaraq geri qalmışlıq. Dünya belə bir şey dünyası deyil. Dünya bunu nə edir? İndi bunu da deyim sizə. Bunu göyərdiblər. Gedirsiniz burada mal deyirlər. Böyük pasajlar ki var, çox böyük pasajlar. O pasajlara burada mal deyirlər. İranda o xəraba məmləkətdə onlara pasaj deyilir. Pasizdən gəlir, geçmək yeri. Pasaj da yəni siz bu tərəfdən geçirsiniz, o tərəfdən çıxırsınız eşiyə. Girirsiniz içeri, o tərəfdən geçirsiniz, çıxırsınız eşiyə, olur pasaj. Yəni geçici yeri. Mal da o yer düşkəçində al verər, yemək da var, içmək da var, orada yeyirsiniz, içirsiniz, dolanırsınız, vaxtınızı geçirirsiniz. Hətta onlarda məsələn yürüyürsünüz. Hava qışlı ya, çox istidir yayda, gedirsiniz orada sərindir, qışda da istidir, orada vərziş edirsiniz. Özünüzün başınızı qatırsınız. Sineması falan, hər şeyi var. Bir dana şəhərdir özünə. İndi gedirsiniz orada göynün istəyir bir meyvə suyu içəsən. Gedirsən orada deyirsən ki, mənə bir meyvə suyu ver. Bu buğdadan, bu mərcidən ki, biz mərcid, bu da mərcidir dostlar. Bundan bir tel kəsir, bir tel, məsələn 5 qramlıq. Bu 5 qrama 1 dolar sizə bahıya verir. Bunu salıb o meyvə sizin içinə qatır. Bu oradadır, bu oradan bir tərəfdən kəsir, o birisi tərəfdən buna da su verirlər, bu hey yekəlir. O birisi tərəfi kəsincən bura gedir, gəlib yekələcəkdir. 5-6 dana da qoyur bura, bu biraz azalanda bunu götürür, qoyur ora, yekələcəkdir, o birisini götürür. Bəs baxın, gəlişmiş millətlər bunları atmırlar eşiyə, bunu fürsətə çevirirlər. Biz isə kasıb millətik, amma kasıb millət pulun verir, bunu alır, bunu atır eşiyə. O halda ki, bu yekəlibdir. Bu bir dünya məhsuldur, bu Allahın nimətidir, tapılmayan bir şeydir. İranda deyək ki, 10 milyon ev var. Hər ev 1 kilo kollən, deyək 1 kilo 200 gram bundan, 200 gram ondan, 200 gram ondan, 3-4 cürədə göyərənti göyərdirlər, bunları atırlar eşiyə. Yəni fikrin ki, 10 milyon evin hərəsindən 1 kilo atılanda eşiyə, 10 milyon kilo getdi eşiyə. 10 milyon kilo bir şəhərin, dostlar, Təbriz kimi 3 milyonluq şəhərin 1 ay, 2 ayının yemağıdır. Yemağı. Bunu atırıq eşiyə. O halda ki, tamam, əvvələ bunu çevirə bilirik, heyvanlarımıza yedidə bilirik, veririk. Qonşumuzun mal heyvanı var, ona veririk. Evdə həmsayımızda toyuq var, veririk, ona veririk. Evimizdə pişik var, qoyarıq, o yiyər. Bəzən pişikləri vururuq ki, bunu niyə yiyirsən? Amma qoy yesin də, ondan yaxşı bir şey. Düzəltmirsən, həm Allaha xoş keçsin, həm bizə. Geri qalmışlığı göy danışırıq, ha dostlar. Uzun olacaq, bu günləri bəlkə 4-5 saat bu tür şeyləri danışacağım. Çünki indi bunları aparacağım əkəm. Bunları mən aparacağım həyətdə, əkəm, bunlara yavaş-yavaş yekələcəklər, burada gətirəcəklər. Əvəzin gedən pul verən sümbülü alam, sümbülü bir başlaq deyirdik, başcaq. Bir başcaq sümbülü, məsələn Kanadada keçsin olsa 15 dolardan başlayır. 10 dolar, 15 dolar sümbülü bağlayıblar bir-birinə. Dəstə bunu satırlar. 10 dolar, 15 dolar, 20 dolar qalıb hardan alasınız, neçə alasınız. Və tamam, niyə bunu ödür eləyək? Bunu aparaq həyətimizdə qəşəng. Dənə-dənə buradan çıxadaq. Şumallı xanımlar bilirlər, biz bilmirik. Buradan məsələn bir çəngə əl atıram, buradan yoluram. Zoğları da vardı, zoğundan yapış. Buradan bir 3 dənə, 5 dənə çıxar. Bu
3-5 dənanı yeri belə ağacın ucu ilə dələcəksin, qoyacaqsın ora. Oradan çıxacaqdır, həyətin gözəl görsənəcək, güldanın gözəl görsənəcəkdir. Sonra da buğda gətirəcəkdir evdə və sən bundan faydalanacaqsan. Bunu atmayacaqsın. Yox, onu da eləmirsən, dostlar. Vitamin C-nin mərkəzidir bu göyərti. Bu göyərti ki, buğdanı qoyurlar Kanadada, Amerikada, Avropada, Çində. Buğda beləsi zoğ bağlır. Bu mərhələdə ki, başlayıbdır. Bunun kilovu, buğdanı, noxudu, mərcini, hər nəyi desəz, maşı, hər nəyi desəz, beləsi elirlər, satırlar. Vegetarianlər, onlar ki, ət yemirlər, onlar bunları yeyirlər. Bu özü bir, mən indi bir dənə agəh qoymuşam, dostlardan xahiş edəcəyəm, gedin rəy verin. Biz istəyirik bir dənə milli mədrəsə açaq. Bu milli mədrəsədə bunları sizə öyrədək. Ki, gelişmiş dünyada, inkişaf tapmış dünyada nə cür yaşırlar və biz nə cür inkişaf tapmış modern insan ola bilərik. Onları danışacağıq, onları iş öyrədəcəyik, dil öyrədəcəyik, bu cür bir şeylər. Amma görək ki, siz nə istəyirsiniz, harada nə istəyirsiniz, onu qoymuşuq oraya, ondan sonra danışalım. Amma elə onlardan biri budur, dostlar. Bu Kanadada bir də adamların işi budur. Bunu qoyurlar, göyərir. Sadəcə qoymurlar bu qədər göyərsin. Elə o cücərəndə bunu götürürlər, aparırlar, dükanlarda satırlar. Kilonu məsələn bilmirəm, kilonu 3 dolara verirlər dükana, dükan da satır kilonu 10 dolara bizə. Onu yetişdirənlər, onlar ki, sizdə salat yiyələr, taza salat yiyələr. Baxın, bu taza salatdır. Mən oruc olmasaydım bunu yiyərdim. Orucam, amma bunu yiyərdim, gözünün qabağında. İftar eləməyim, hələ fəylən saat tükəcəm ki, 1-1,5-2. Bu da bir işdir. Onlar işi istəyirlər, eləyə bilərlər, bu işi görərlər. Baxın, bəzi adamlar necə gedirlər, almiyon, dəmir, başmaq, naylon, onu bunu qırım-qırtını çöldən yıxırlar, satırlar. İndi hər kəsin ağlı olsa gedər bu buğdaları yığar, o millət atıblar eşiyə, su qıraqlarına. Onları yığar, gətirər, onu satmağa başlar. Onu vitaminə çevirər, onu yemağa çevirər. Bunu vururlar, salad edirlər. Dedim, vururlar meyvə suyuna, bunu yeyirlər. Canlarına can olur. Gedib dava almır. Vitamin C alınca bunu alır. Gedib, məsələn, vitamin C-nin bəstəsi, burada alırıq, vitamin D-dir, vitamin C-dir, o birisi də hər nə mənəki var deyil. Vitamin C, vitamin, hər nə mənəki desəz. Tamam vitaminlər, minerallar, filanlar. Bunları gedirik, çox baha. Yəni, məsələn, 100 danasını qoyurlar, heç olmasa 12 dolardan başlayır. 12 dolardan başlayır, gedir 50 dolara can var, məsələn, vitaminlərin karxanasına bağlıdır, filan bəhəm. Tamam, adam bunu gedib oradan alınca deyir ki, mən bunu özüm şey eləyəcəm. Burada bunu da baxırlar. Hangi göyərti, hangi vitamini, hangi mineralı çox ürətir özündə, onu düzəldirlər. Yəni, məsələn, baxır ki, məsələn deyirəm, mərci məsələn deyirəm, kalsiyum düzəldir, məsələn. Nə edir? Gedir o kalsiyumu şey edir. Qoyun, buna mən biraz su atsım, çünki bunların ikisi də quru giplər şey olubdur. Gəlirəm. Həm su içsinlər bunlar. Həm su içsinlər, həm də ki, biraz yumuşalsınlar. Mən indi bunları kəsəndə, aparıb əkəndə eləyə bilim ki, rahatca bunları qopardım. İndi gördüm ki, qopartmaqları da zorlaşıbdır. İndi bayram geçtiği için, burada da bizi dedim bayram tutmurlar Kanada'da. Onun için biz bunu şey olmuşuq. Nə deyirlər? Su da verməmişik evdə zahirən. Yazıqlar quruyublar biraz. İndi qoydum bura, bu da suyunu çəkər. Çavaz dəsmal da qoyublar bunun altını. Onu da buradan qopardaq ki, bizə icazə verə bunu şey eləyək. Bu çavazdan dəsmallar da bir dərd dedim ya. İndi dostlar, milyonlar, bu özü bir işdir. Bunu yük etmək çox da rahatdır. Ehtiyac yoxdur, bu cür Çinidə qabda zıdda eləyəsiniz. Məmuli
kisədə, naylon kisələri ki vardı, alanda alırsınız. Onu qatlayıb, cıqqılı azca dərinliğine bunu qoya bilərsiniz. Azca istəsəz torpaq tökə bilərsiniz ki, torpaq orada olsun. Amma yemək üçün bunu zoğun da yeyirlər. Bunun ehtiyacı yoxdur ki, neyniyəsiniz? Ərz edeyim xidmətinizə. Əlbəttə, bu da gəlib keçib kağız dəsmalın bu yüzünə çox çətin olacaqdır. Fikirlə mən məcbur olacağım bunu qeyti ilə kəsəm. Ya da ki, elə gələk bir-bir bunları çəkək, qopardaq, görək nə cür olacaqdır. Umaram ki, biraz da çoxu bitər. Amma bu yaxçıdır, bu elə şey qoyublar. Dəsmal qoymadıqları üçün şey. İndi dostlar, məsələn, gəlirik Təbrizdə ya Azərbaycanda ya hər yerdə şüvərən. Şüvərəni gəlirik, sıvırıq bu parçanın üstünə. Məsələn, 100 min dana şüvərən sıvırıq ora. 100 min dana şüvərəni siz əgər onu gətirsəz, həyətdə əhsəz, 50 dana belə qoysaz elə bir yerə. Dostlar, onun şüvərəni sadir elərsiniz. Diqqət buyurun. Yəni, biz niyə dünya kimi beynimiz genişləşmir? Niyə bizə bunu öyrətməyib daşaq? Niyə əvvələn niyə belə eləyirik? Sonra niyə atırıq eşiyə? Niyə bunu saxlayıb ləzzət aparmırıq? Niyə bunu əkib, sonra məsələn saxladıq 13 gün, 13 gündən sonra bunu aparaq həyətimizdə əkək, küçəmizdə əkək, güldanımızda əkək, evimiz gözəl görsənsin, evimizin qıraqların istifadə eləmədiyimiz yerləri çevirək bunun zəmisinə, bunu kəsək tökək uşağımızın yemağına, özümüzün yemağımıza, bunu saladımıza tökək, hər nə bişiririk onun yanında bundan da yiyək, qəşəng, doğru salim vitamin alaq. Karxana vitamin əvəzinə bunları alaq. Pul verib abınca bunu alaq. Bu cür bir dərdə düşmüşük. Geri qalmış millət əqəbmanda. Dostlar, bu bir şey deyil ki, bu bizim məğzimizdədir, eşikdə deyil. Bizim məğzimizdir, bizə deyir ki, sən başarmırsa bunu neyniyəsən? Dünya nə tür geçir, onu başarmırsa. Mütəəssifانə biz bu milli mərəzlərə müsar ediblər bizi. Həm varid kunəndi yox, yəni pul veririk xaricidən bahasına, gəmi pulu veririk, bimə pulu veririk, hər şeyi veririk, gətiririk o məmləkətə, həm də sonra bunu atırıq işiyə. Ya da elə gümrükün özündə bunları qoyuruq, küflənir, küflənirdən sonra atırıq işiyə. Qoyuruq, qurtlanır, qurtlanandan sonra atırıq işiyə. Bu Kanada bizim için deyirlər. Baxın, illət dedim, illət bu ki, bunlar inkişaf ediblər, biz inkişaf eləməmişik. Düşüncədir, baxmaqdır, dünyaya necəyə baxacaqsan. Dostlardan taza gəliblər, o Təbrizdən taza gəliblər bura, Türkiyədən taza gəliblər bura. Buranın qətarına minibdir, metrosuna. Gəlib mənə deyir, olan bu, Təbrizdə bu qətarı qoysalar, millət dağıdar ha. Çünki burada atmırlar çeşiyi. Kanada dünyaya verir, amma özünün yoxudur. Siz gedin Kanadanın qətarına baxın, metrosuna. Hələ o tutuskadendir. Tok gedir. Mən Türkiyədə o servisel qətarı gördüm, təəccüb elədim. Dünyada belə bir şey var. Almanda da görmüşdüm əlbəttə. Çox təəccüb elədim ki, Kanadada yoxdur. Hələ belə Kanadada o bir şey yoxdur. Amerikaya mən getmişdim. Washington DC. Oradan qeydirdim. Maşınla gəlmək məcburiyyətində qaldım. Yəni, sürətlə gəlməliydim. Maşına mindim. İkinci Dünya Savaşının maşınları idi. Səndəlləri hələ təxtə idi. Çünki adamlar əllərinə, maşın burada köhnəlir, paslanır, motor işləsə işlədirlər maşını. Maşının hər yeri köhnəlir, paslanıbdır, geçibdir, amma adamlar işlədir, atmırlar işləyə, utanmırlar da. Bizim kimi rəqabət, əslən rəqabət yoxdur. Əslən rəqabət yoxdur. Göz-gözü, mən bir yerə geçsəm, görsəm ki, onlar, məsələn, bir yemək qoyublar ki, sabahlar biz onu gəlir, qonaq çağırmıram. Yəni, Kanadalılar özürdür. Hə, Kanadalılar ya Amerikalılar niyə bizim qəzamızı sevirlər? Çünki özləri belə qəza yemirlər ki. Pullarını o cüzü xərcləmirlər. Dedim də, nə qədər yiyir? Məsələn, biz almalanda 10 kilo alırıq, 2 kilo olmaş 65 yiyir. Kanadalı oturarmı? Kanadalı gedir 3 dənə alım alır, deyir ki, mən 3 dənə yiyəcəm. Qonağa gələndə onun birini qoysa onun qabağına, ona da deyir ki, do you like apple? Sən istəyirsən bir alma yiyəsən?
O da desə, hə, yiyərəm, bir də ona verəcək. Yox desə ki, yox, deməyəcək ki, yeyəsən Allah, sən əvvəl-fəz, acıq alarsan, filan olarsan, şərməndə oldun. Bu cür şey yoxdur. Qoyubdur orada, məsələn, buyur ye, yeyəcək, yeməsə yeməyəcək. Demir əsən buyur ye. Hə, bir dəfə deyir, qəzanı qoyur mizin üstünə, yemağı bişiriblər, deyir ki, please serve yourself. Özündən xidmət el özünə. Adam durub ki, yedi, yemədi, gəlib demirlər, niyə yemirsən? Soruşmurlar. Hər nə dəlildən dolayı yemir. Tarif yoxdur. Taarruf kəlməsi yoxdur bunlarda. Biz dünənləri bir yerdə bunu danışırdıq, bir dənə Kanadadan soruşdum. Çox deyəndə söyledi, insist, nə belə bir şeylər, yəni çox israr edirsən, israr. Amma taarruf özü bir fərhəngidir İranda. Göz-gözə getmək, gəlmək. Elə bunu siz görün, bunu bağlayın, ya indi bu deməyin, fəqət insaf əli bunu deyək, ha, yox, bu deyil dostlar. Baxın, bu yaşamdır, yaşam tərzidir. Yaşam sistemidir. Məsələn, burada bir dənə oğlanla bir dənə qız bir-birini sevir. Ya oğlan qızı sevir, ya qız oğlanı sevir. Mühüm deyil, bir yerdə görüblər. Əvvələn dünyada insanlar bir böyük yalan danışırlar, o yalana bir əvvəl danışar. O da budur ki, məsələn, bir dənə arvad, ya bir xanım qız, bir oğlan, birini sövür bir-birini. Ona deyir ki, 7 milyar, 8 milyar insanın içindən mən səni sevmişəm. Buna deyən ola, bu yekaqlı yalanı nə deyirsən? Sən neçə nəfər görmüsən ömründə? Neçə oğlan görmüsən, xanım qızsan ki, bunu sevmirsən? Ya neçə dana xanım görmüsən, sən oğlan, bu qızı sevmirsən, onların içindən. Dünyada bəllidir, təhqiq ediliblər, bəlli olubdur. Adam ya o yaşadığı yerdə qonşulardan evlənər, ya işə gedib gəldiyi yerdə, mədrəsəyə gedib gəldiyi yerdə birini görər, sevər, ya da işlədiyi yerdə birini görər, sevər, evlənər. Onları görmək, onlardan əlavə bir şey yoxdur. Evlənməz. Çox çətin, biri musafirət edir, o da deyir, musafirət edir. Birini görər, sevər, aşıq olar, çox çətindir. Bu da məsələn, mində birdən olar. Çox olmaz. Amma normal insanlar beləsi evlənərlər. İndi, nə cür İranda qız oğlanı istəyənmir. Əlbəttə, indi istəyirlər, şükür olsun, bu bir qabağa getməkdir. Amma evlənməkləri zordur, evlənmək yoxdur, çətindir. Boşanmaq var, boşanmaq çətindir, ondan çətində boşanmaq, evlənməkdən çətin boşanmaqdır və zindana çevirirlər bir-birləri. O gəlir deyir, mən bundan almasam, bir şey də yoxdur, ömrümü qoymuşam. Aha, sən də ömrümü qoymuşsan, o da qoyubdur. Xanım bacı, tərsən ömrümü, mən cavanlığımı qoymuşam. Hangi xanımı danışırım, deyir, mən cavanlığımı qoymuşam. Oğlan da cavanlığını qoyubdur, nə fərq elədir? Elə bir ki, məsələn, hər şey bir tərəfliyəyi ki, kef eləmişsə, girmişsiniz yatağıza, kef eləmişsə, ikiniz də kef eləmişsiniz. Fahişəlik ayrı bir şeydir. Oğlan da fahişədir, qız da fahişə ola bilər, xanım da fahişə ola bilər. Bu ayrıdır, kişi də fahişə olur, oğlan da. Bu ayrı bir şeydir. Birinə pul verirsən, ondan yaxınlaşırsan, o bir ayrı bir şeydir. Amma o zaman ki, sən biri ilə yaşırsan bir evdə, orada ikiniz də hər şeydən ləzzət aparırsınız. İkiniz də yeyirsiniz, ikiniz də içirsiniz, ikiniz də işləyirsiniz, zəhmət çəkirsiniz, filan, bəhmət. Kanadada bu cürdür. İnsanlar, məsələn, mənim 3 qızım var, bir oğlum var. 3 damadım var. Biz yeznə deyərik, Türkçə damat demərik, Türkiyədə damat deyirlər, biz amma demərik, biz yeznə deyərik. 3 dənə yeznəm var, bir dənə də gəlinim var. Gəlinim Kanadalıdır. Yeznələrimin biri, üçü də Kanadada əslində Kanadalıdırlar. Amma ikisinin kökü Azərbaycandandır. Bizim Güney Azərbaycandandır. Bir yol. Görürəm ki, bunlar məsələn evlərində nədir? Qız oğlanı sevir, oğlan qızı sevir, bir-birlərinə yetişirlər, gəlirlər dədələrinə, nənələrinə fəqət icazə alır. Nə bu cəhaz verir, nə o cəhaz verir. Hüksot. İkisi də işlir, gedirlər evlərinə. İkisi də bu şərik, bu evi qovzurlar, gedir. İndi məsələn mobil alacaqları özləri işlirlər alırlar. Səndəl alacaqları özləri işlirlər alırlar. Qab-qacaq alacaqları özləri işlirlər alırlar. Hər nə alsalar. Sonra da Allah göstərməsin biri-biri ilə yola getmədi. Ayrılanda deyirlər ki, bizim bankda da bir belə pulumuz var. Bankları da şərik olur dostlar. Diqqət buyurun. Bankda hesabları da şərik olur.
Sən burada deyə bilməsən ki, mən evlənmişəm, yenə privacy'm var. Privacy nə privacy'si dostum? Sən evlənmişsən, bu adamdan hər şeyin şərikdir. Sən deyə bilməsən privacy'in olan. Sənin telefonun onun əlində olacaq, onun telefonu sənin əlində olacaq. Necə ki privacy'm var? Sən hər şeyi o bilməlidir, onda hər şeyi sən bilməlisən. Ola bilməz. Ayrılsalar da gedirlər, ya özləri deyir ki, sən bunu götürsən, ayrılırlar, gedirlər dadqaha, deyirlər ki, biz ikimiz bahəm təvafuq elədik, hər şeyi böldük, ayrıldıq, heç də istəmirik. Dadqah deyir ki, 3 ay fikirləşin, 3 aydan sonra gəlməsəz, boşandınız. 3 aydan sonra boşanmaq kağızı yazılır, gəlir. Amma 3 ay üçün geçsələr, desələr ki, biz boşanmadıq, onda da dövlət deyir ki, tamam, gedir otururuz, yanınıza edin. Amma azıcıq savaşsalar, İrandan gələnlər xüsusən, indi ya oğlan oradan evlənib gəlib bura, qız buradan evlənib oradan gəlib bura, İran modeli, mən boşanmışsan, canımı qoymuşam. Canımı yəni nə üçün qoymuşsan, neynəmsən ki, o eləməyibdir, o canını sənə qoymayıbdır. Sən onu öpmüsən, o da səni öpübdür. Biri öpəndə kirayə verəcək, biri öpəndə kirayə verməyəcəkdir. Nədirdir bu? Yəni, məsələn, sən bir iş görmüsən ki, o işi görməyibdir. O da işləyib, sən də işləmsən, sən də zəhmət çəkmişsən, sən də o da ikizdə. Bu, geri qalmışlıq buradan görsənir. Cahaz bahis olub insanlar evlənəmirlər. Burada cahaz yoxdur. Burada mehriyə də yoxdur. Elə buna taydı ha? Elə həman o iki dana belə Təbrizdən gəlmiş adam da olsa, onlar burada yavaş-yavaş bunu öyrəşirlər. Yox, mən hər şeyi eləyə bilmərəm. Hər yerə də getmərəm. Paltar da hər məclisə, hər paltar, mən nə olub məsələn paltar, niyə məsələn hər yerə gedəndə bir paltar geliyorlar? Mən işləmirəm, verəm karxanalara, şirkətlərə ki, onlar yaşayırlar, mən fəqət işləyəm. Mən işləyəm, ləzzət aparam, bir dana köynəklə, bu köynəklə mən 1 milyon dəfə televizyona çıxa bilirəm. Hə, 3 dana köynəyim olsa mənə yetişər, bir dana ağ, bir dana qırmızı, bir dana da bu. Hər dəfə birinci yerə qutarar. Fəqət əvəzi düşməyəm, buna görə ki, əvəzi düşməyəm. Yoxsa bu köynək, həman köynəkdir. O zaman ki, təmizdir, tazadır, nə iradı var bunun giymağına. Görsünlər, desinlər ki, İnsaf Əli bu köynəyi keçən dəfə də geymişdi, 50 dəfə də geymişdi. Nə olsun, yəni iradı nədir? Hə, amma İranda özümüzü boşlu salırıq. Kanadada da boşlu düşürük, o da danışaram bunu görə. Biz də burada boşlu düşürük. Yəni burada gedirik, məsələn, hər nəyi alırıq, qıstla alırıq, nisiyə alırıq, kreditlə alırıq. Maşın alırıq, kreditlə alırıq, ev alırıq, kreditlə alırıq, meyvə alırıq, bunu belə alırıq, kreditlə alırıq. Yəni borcu alırıq da, borcu ödürük, ay başınacan borcu ötürməsək, bunun nuzulu 23%dən başlayır. %23-dən başlayır, gedir yuxarıya, %25-əcə. Amma heç kəs istəmir onu versin, çalışır, ay başınacan bunun pulunu versin ki, o elə bu normal pulda qalsın, üstünə gəlməsin. İnsanlar burada da gedirlər, paltar alırlar, təbii ki alırlar. Amma paltar alır, paltarsız çıxarmayacaqdır. Amma bu paltarı mən geçən seri ki, plan yerə geymişdim, bu dəfə geysəm, ya məclisin yarısında da bu şeylər yoxdur. Onu neynirlər? Mən hətta dünənlərdə bunu bir dostumuzdan eşitdim. Təbrizli, təəccüb elədi. Mən deyirdim ki, o cür deyil. Dedik ki, məsələn, yayı gedək bir meşədə, burada da hər meşəyə gedə bilməzsiniz, qala bilməzsiniz, icarə eləyəsiniz. Orada bağlardır, bir də insanlar alıblar. Məsələn, ağacı kəsibdir, orada çadır qurubdur, ya gedib orada qalır. Özün fəqət o yeri qoyub ora, gedib orada qalacaqsan, tualet düzəldib orada bir yerdə, sonra tualetdən istifadə edəcəksən. Məsələn, $100 verəcəksən gecəsinə, 24 saatına. Orada çadır qurmuşsan, ya maşını saxlamısan. Orada yiyəcəksən, içəcəksən, orada keyfi eləyəcəksən. Adına kəmp deyirlər, kəmping deyirlər. Məsələn, bu da o işlərdəndir ki, yenə deyəcək, bunları da deyəcək xidmətçidə. Bu işləri yavaş, bunları ölçəşmək lazımdır. Ondan sonra nə olur? Durursan, geçsin. Adam dedi ki, biz ucuz yer tutaq, ucuz yer. Amma çox gedək. Baxın, çox mühümdür. Bir var ki, bahalı bir şey tutasan,
bunu da bir Kanadalıdan eşitdim. Bir dostumuzla danışırdı. Deyib ona ki, qız dostuna deyibdi ki, sən istəyirsən ki, biz bahalı otelə gedək, ildə bir dəfə gedək, yoxsa mütəvəssit, orta, ucuz otelə gedək, məsələn, ildə 4 dəfə gedək. Adam deyibdi, mən tamam 4 dəfəni severəm. Tamam, bəs orta ya ucuz otelə gedək dolanaq, gələk yatmağa gəlirik orada. Gəlmək otelin divarlarını yeməyəcək, mobilini yeməyəcək, təxtin yeməyəcək. Rahat olsun, yaşaya bilək, orada yata bilək. Biz orada getmirik ki, orada qalaq, oranı yiyək ya oranın sahibi olaq. Amma gedək, dolanaq, gələk orada yataq, duraq da işli yeməğimizi yiyək, gedək dolanaq, gələk yataq. Amma 3-4 gün əvəzində məsələn $1000 bir var ki, gedək məsələn 2 gecə qalaq bir dənə oteldə, bir də var $1000 məsələn eləyə bilək 10 gün qalaq, 20 gün qalaq, 1 ay qalaq. Bizim dostlardan biri vardı. Əslində o $1000 dedi ki, mən Kanadada qalmıram. Mən ayda özünü bazı şəst eləyibdi. Dedi, mən Kanadada qalmıram. Gedirəm Kubada qalam, oteldə qalam. Ayda $1000 verəcəyəm. Yemağım, içmağım, paltarımız, hər şeyim onlar verəcəklər. Yemək, içmağımı verəcəklər. Evimi təmizləyəcəklər. Hamamı da, hər şeyi də müftədir. Yemək, içmək, hər şey müftədir. Gedəcəm orada qalam. Niyə? Adam baxır görür ki, mənə bu sərf edir. Mən niyə məsələn pulumu fəqət buna görə ki, filan kəs filan köynəyəcəyib də mən onu yiyəmərəm. Niyə məsələn? Niyə kişilərdə bu yoxdur, xanımlarda var? Biz bunları illəti budur, geri qalmışıq. Geri qalmışıq. Biz deyirik bəlkə inkişaf, tövsiyə, farsça, irəliləmək, budur ki, ondan buna rəqabət edirik. Mən cibimə baxacağam. Cibimə baxacağam. Filan konsertə gedir. Mənə dostlar deyirlər, bayrama konsert qoyublar. Gələrsiz, deyirlər, necə deyirlər, filan dedi, mən gəldim. Tamam. Ehtiyacı yoxdur ki, mən büdcəmdən izafiyə gedim. Ehtiyacı yoxdur, zorum çatmır, ehtiyacı yoxdur bəzi restoranlara gedim. Ucuz yerlərə gedirəm. Rahat. Çünki nəyə çıxırıq ya? Əvvəlcə bunu da bilək. Biz restorana nəyə gedirik? Gedirik ki, əks salaq qoyaq bura. Məsələn, bu əksi biz salıb, bəzən görürsünüz bir dəfə ömründə belə gəlir nəzərə. Görməmiş adamlar, dostlar, görürsünüz ki, bir nuşabə içir. Və siz görmürsünüz Kanadalılar, Amerikalılar əraq şüşəsin, abco şüşəsin, əksin salıb qoyarlar ora. O nə yaxı? Deyir, bu mənim məsələn gündəlik işimdir da. Mən bunu neyniyəcəm? Məsələn, nə tazalığı var mənə? Tazalıq olursa mühümdür. Sən nə yaradan? Axı gözəllik sənin özü deyil ki, gözəllik yetişib sənə. Sən də iş görməmsən ki, heç iş görməmsən. Sənin ləyaqətin yoxdur. O sənə aid deyil. O gözəllik sənə aiddir. O gözəllik sənə bir şey verir. Yoxsa sən ondan bir iş görməmsən. Nə iş görmüsən? Sən məsələn dərs oxumusan, savadlısan, bir şey ixtira eləmişsən, bir şey yaratmışsan, iqtisadda bir onun var, nəyin var? Gözəlliyi sən yaratmamısan, gözəlliyi sənə verib, təbiət verib, Allah verib, hər kəs veribsə, veribdir, genetiki veribdir, hər kəs verib, bunu sənə veribdir. Sən yaratmamısan, bunun üstünə bir şey əlavə eləməmsən, iqtisadda farsça deyirlər ki, ərziş əfzudə bunun üstünə qoymamısan. Amma o məşşatə ki, gedirsiniz yanına arayışgah deyirlər, indi farsça olubdur, o sizi arayış edir, o sizin gözəlliyinizə gözəllik izafə edir. O bir iş görür. Siz özünüzə nə inirsiniz yəni? Bizim düşüncəmiz mühümdür. Bizim bir işi görürük, o mühümdür. Bizim davranışımız mühümdür. Bizim özümüzü niyə borca salaq? Bu bir məsələ. Niyə borca salırıq dostlar? Borca salırıq ki, neyini yaq, nəyi sabit eləyək? Sabit eləyək ki, məsələn, mənim maşınım var, yuxarı maşınım var. Məsələn, mənim maşınım 20 illik olsa işləsə, maşın deyil. Kanadada siz gəlsiniz, görərsiniz ki, məsələn, bəlli deyil ki, kimin maşını, kimin hangi modeldir. Biri mümkündür, indi çıxartmış olur, biri də 50 il bundan qabaq almış olduğu maşın olur. Tazə 50 il qalmış maşın çox kilaslıdır. Diqqət buyurursunuz. Bunun üçün bütün şeylərdən danışacağım bu günləri. Amma indi neyiniyək? İndi duraq bunları götürək. Gedək həyətə. Mən indi burada bir yerdə otururam, müvəqqət otururam, geçici otururam. Buranın həyəti var.
Burada bunları əhmağa başlayalım. Orada da elə bunları yavaş-yavaş danışaq, hərdən oradan burada. Mən kameranı da götürəcəm, aparam. Yol. Hə, bizim bu Tinkeri də görsədim. Bizim bir dana evdə bir pişiyimiz var. Bu da adı Tinkerdir. Buna da sicilli alıblar. Sicillisində də bizim adımızı daşıyır. Bir yol. Mən əvvəl bu mərcini aparım, çünki bunun nəzərimə gəlir ki, altına kağız qoymayıblar. Bu rahatca bunu əhmək olacaq. Bunu aparım. Görək nə cür olur. Zəhmətdir. Mənim orada bir... Tamam. Bunları... Mən burada kameranı qoyacağım burada bir yerə. Fikir edirəm ki, uzağa geçsəm səs gələcəkdir. İstəyirəm bunu o ortada əkəm, amma oradan... Tamam. Gəldik dostlar. Yel əsir bilirəm ki, yer şehir yazası. Mən istəyirəm ki, burada bu Allahın nimətləri atlayır şey. İndi istəyirəm ki, burada biz bir ildir bu evə daşınmışıq. Yol. Bir ildir biz buranı gəldik, çimən idi, uğraşmıyıq. Hə, bunu əvvəl qoyun Kanadanın burasında görsədim. Dostlar görməyiblər, görsünlər bir. Kanadada sistem belədir. Həyətlərin arasında divar yoxdur. Heç birisinin arasında divar yoxdur. Bəzisi, bu cürsi bizim, məsələn, bu qonşunun nərdəsi var. O birislərin nərdəsi yoxdur. Məsələn, geçsəm ora görsəsəm, heç birisinin nərdəsi yoxdur. Bəzən belə ağac əkiblər. Bu ağaçlar görsədir ki, bunlar aralar var. Yol mərzidir, sərhədləri olardı. Bəzən də indi oranı da görsəsəm görəcəksiniz. Bu da bizim dalı həyət deyirlər bunlara. Dalı həyətimizdir. Yəni bu ev ki, kirayə eləmişik, onun dalı həyətidir. Dalı həyətində bu kərdiləri düzəltmişik. Bizim Kanadalı gəlinimiz düzəldib. Biz düzəltməmişik. Bunlarda hərəsində bir şey əkirik yay zamanı ki, özümüz yiyək. Bilirsiniz, tamam mərəzçılıqlar ki, bizim canımıza gəlir, hamısı şeydən gəlir, yemaqdan gəlir. Dünyada yemaqların sistemini dəyişdiriblər. Əl aparıblar, tamam bu yemaqlar, hər nə mənə desəz, göy-göyərəntilər, buğdalar, qarğıdalılar, ətlər, toyuqlar, meyvələr, hamısını dəyişdiriblər və biz çox mərəzçılıqlarımızı onlardan alırıq. Onun üçün indi Kanadada adamlar, hətta bəzi adamın ki, həyəti yoxdur, amma apartmanda yaşayır, dövlət bunlara gəlibdir, community deyərək bir şey deyirlər burada, yəni məsələn bir məhəllə deyək da, məhəllə. O məhəllədə bir dənə bağça düzəldib dövlət. Həriyə 2 metr yer verir. Orada geçsin, öz istədiyin əhsin, oradan götürsün, yesin. Bizim də gəlin bizə belə bir şey özü düzəldibdir. Bunlar bəzisi təxtədir, bəzisi şeydir. Bunlar da ağaçlarımızdır. Burada çoxlu şeylər, börükcan deyirik biz Azərbaycanda. Bu qırmızı börükcandır, qərə börükcandır. Bura bizim nərzimizdir dostlar. Bu rəh ki görürsünüz burada, bu həyətin ki biz qalırıq, o birisi həyətindən biraz da sesidir. Görürsünüz, o nərdənin qırağı buradan sesidir, amma bu birisi həyət qonşumuzla, baxın görürsünüz,
burada neçə dənə həyət var? 1, 2, 3, 4, 5. 5 dənə həyətlərin hamısı qatışıqdır bir-birinə. Mən gedə bilirəm onların həyətinə, onlar gələ bilirlər bizim həyətimizə. Heç birisinin divarı yoxdur. Heç birisinin kilidi yoxdur. Bəzisinin dürbünü vardı. Məsələn, bunlar da bizim ağaclarımızdır. Demişik ki, buradakı oluruq, bir ağaçlar yaşaq. Davşanları yiyib bunları. Burada bir 2-3 ağac əkmişdik, davşan yiyibdi. Dəmir bunları qoyduq ki, da gəlib yer çökündə yeməsinlər, qurtarmasın. Çalışdıq, bir 2 dənə tut ağacı tapmışıq. Təlisi oradadır. Bu da tut ağacıdır. Bunu açıblar uşaqlar. Onu aşmayıblar hələ. Təlisi qalır. Bunlar da, davşan bunu da yiyibdi. 3 dənə davşan var bu həyətə gəlir. Bu illəri bunlar bizim hər şeyimizi yiyəcəklər, dağıdacaqlar. Ərz eləyim ki, bura biraz ucuz oldu. Biz buranı apartmanda qalırdıq. Biraz çox bahaya çıxdı. Gəldik buranı kirayə elədik. Biraz şəhərdə deyil. Biz demək olar ki, bir uzaq bir yerə köçmüşük. Amma bu da şeydir. Damın üstündən yağış gələndə getməsin qonşuya tərəf. Beləsi qoymuşuq gedir həyətə. Yelə bax, çox əcib yel əsir. Bura qabaq həyəti, ora dalı həyət idi. Bura çəmən idi. Eyni olar ki, görürsünüz, bu qonşumuz çəmən eləyibdi. Bura çəməndir. Hər yer çəməndir. Burada aydan çıxmışıq. Hələ ehtimalən sabahlarda yağış yağacaq. Bura çəmən idi. Biz bu çəmənləri götürdük. Bunun yerinə vəhşi gül əkdik. Dağda olan güllərdən əkmişik. Bir 20.000 dənəyə yaxın burada gül toxumu əkmişik. Onun üçün burası keçəl görsənir. Amma bir aydan sonra ki, bunlar yerdən çıxacaqlar. Burada bir gül bağçası olacaq. 100.000-ə yaxın gün olacaq burada. Xüsusən ki, bu ildə öz toxumları tökülübdür. Çoxlu şey olubdur. Toxumlar var orada. Yəni 2 qat, 3 qat. Əlbəttə yenə də almışıq. Onu çoxaldacağıq. Və siz də onu görəcəksiniz. Ömür olsa göstərəcək şey necə olur. Amma indi mən istəyirəm ki, buradan bunu əkəm. Görsəndir, ayrı yer bulmuşam. Tamam. Bu tərəfə biraz çevirsəm bunu. Oradan da baxsam görürüm ki, bura görsənir ya yox, görsənir. Bunların hamısı gül olacaqlar. Bilmirəm, 50-60 gülə gül deyil. İçində şəqqənəsi də var. Günə baxanı da var. Günə baxan kimi güldür. O da var. Çoxunu tanımıram. Amma nə deyirlər, çox gözəl erir. Məhəlləmizdə də bir neçə nəfər xoşları gəlibdir, deyiblər biz də çəmənləri yıxacağıq, ondan yiyək. İndi bilmirəm, eləyəcəklər yox, amma o mühüm deyil. Mühüm budur ki, indi mən hər halda burada görürsünüz, bunlar çıxıblar, bunlar güldülər, hamısı bunlar güldülər. Bir də yolumuza kimi bir şey var, cover deyirlər. Onu əkdik ki, biraz şey olsun. Çəməni gələ tez-tez burası, hər iki həftədə bir yapdığı vaxtı qalsaz, çəmənləri vurmaq lazımdır. Mənim kimi tənbəl adama iş verməz. Onun üçün biz bu coverləri əkdik, yəni yonca kimi bir şey deyil. Bunlar çox yekəlmirlər, bunlar yapdıq belə çox yekəlmirlər, 20 sant yekəlmirlər. Bunlar da gül olur, o da aşağıdan sərtli, çox gözəl görsənir. Amma bu illəri bir ayrı düşüncəm var. O da bunları eşiyə atmayaq, bunları da əkaq oradan buradan. Ki, güllər də çıxanda bunlar da buradan. Görün ki, biraz buradan mərci biz ala bilsək, il sonu çox yaxşı olar. Məsələn, buradan bir 2 kilo, 3 kilo bizə mərci versə, çox gözəl olur. Verməsə də səbzidir, atmamışıq eşiyə, gözəlliğindən faydalanacaq. Buğdanı da əksək, burada da biraz qalxacaq üstə, güllərdən üstə gözəl görsənəcəkdir, payızda da ki, qızaracaq gözəl görsənəcəkdir. Gözəlliğindən də əlavə ki, özü də bir şeydir, hətta onu məsələn, burada başlaq bağlayıb sata da bilərik. Yəni, bu işi də görmək olar. Qəşək toxurdular bəzi şəklərdə buğdanı, onu satırdılar. Bəlkə o cür bir işdə görər. Utanmaq da yoxdur. Hər şeylə pul qazanır zindecanlığına. Biz də qazanacaq. Amma bunları mən istədim əvvəl bir-birinin dibində əkəm. Sonra gördüm ki, burada teyxə güldür bunlar. Mən bu güllərin əhsəm, güllər bunları yiyər, bunlar gülləri yiyər, olmaz. Biraz aralaşacağım. Hər
3-4 santimetrə 3-4 dana qoyacağam ki, çox da bir-birlərinin arasında bunlar bir-birlərini yeməsinlər. Məsələn, burada çoxlu güllər var, böyük yekə güllər olacaqlar, onlar bunları öldürər ehtimallər. Amma yenə biz çalışaq görək nə edirik. Bismillahirrahmanirrahim deyək və başlayaq. Mən bu ağacla çoban kimi bunun da şeyləri, bəziləri taza düz əriyiblər. Onlarda bir şeyləri olur. Yeri qazıram, azcacan. Qoyuram ora, torpağı tökürəm üstünə. Tamam. Bu burada qalsın. 5-6 sant, 10 sant fasilə verdim, ara verdim. Yenə bir bəstə götürdüm, bir dəstəni qoydum içinə. Eyni həman işi də burada görürük. Ehtimalən bizim burada şey də var, çoxlu vəhşi heyvanlar var gəlir. Tülkü var gəlir bizim bura, məhəllə doludur tülkü ilə. Şey var, porsuq var. Ondan sonra indi adları yadıma düşsə, bir dünya heyvan var gəlirlər. Ehtimalən gəlirlər yeyərlər, amma yenə onlar da yesələr, atmaqdan eşiyə 1000 pay yaxçıdır. Bunu da qoyduq bura. Mən dostlar, Təbrizdə olanda da bunu bir dostumla ki, Amerikadan gəlmişdi, örgəşmişdim. O, bizim dostumuz Amerikada geçərmiş rəsmində. Gəlmiş Təbrizə, meyvə yiyəndə hər nə meyvə yesəydi, onun almadan, ərikdən, şaftalıdan, onun dənəsini atmazdı işi, yığar ciblərinə. Özü ilə də onları gətirərdi, dağa gedərdi, həftədə bir gün ki gedərdik dağa. Mən Təbrizdə olanda, hətta Tehranda yaşayanda, həftədə bir gün qış olaydı, yay olaydı, dağa çıxardı. Elə ruhiyyəni düzəldər, adam savaşa hazır olmaq üçün həmişə yer dağa çıxar. Çox yol yoruyor. Onda da biz özümüzü biraz hazırlayırdıq da məsələ. Nə bileyim, bəlkə bir gün qismət olar, vətən müstəqil olar. Ərz edeyim ki, o dostumuz mənə öyrətdi ki, bu meyvələrin dənələrini atma işiyə. Bunları yığ cibi var, gedəndə apar, əlindəki belə ağac götürürsən, ağacın üzü ilə vur, yer dəlinsin, onu qoy onların o yerin içinə. Təbiət indi onu ya torpaq elər, ya da ki, onu göyərdər. Oradan ağac çıxar. Qədim Bağiyat Salihat deyirdilər. Bəlkə Bağiyat Salihatın sənin o olar. Yəni, 50 dana ağac əkərsən, o dağlarda, dərələrdə yağış yağar, oradan şey çıxar. İllət bu ki, Azərbaycanı qurudurlar, dostlar, gölüz adı və bilirsiniz, o göl quruyəndən bu yüzden günü-gündən su azalır. İlləti nədir, dostlar? İlləti budur ki, o yerdə ki, ağac az olar, orada yağış da az olar. O yerdə ki, yağış şey olar, məsələn, su az olar, orada da yağış az olar. Çünki quraqlıqdan nə qalxacaq göyərçi yerə oturacaqlar. Çünki bilirsiniz, yerdə su gərək yerdən olar ki, bu buğuluya gedə göyə, hava sərinliyə, göydə sərinlik olur hava, oradan bir də yenə yağış şəklində gələ aşağıya. Sizin indi suyunuz olmayandan sonra nə olacaq? Ağaçdır bunu qorur, göyərti də bunu qoyur. Kanadada siz yer tapanmazsınız. Karşı eləməzlər. Bizim indi orada baxın, bir maşın duran yer, bir asfaltlı göstərərəm. Bir də burada biraz yeri şey eləyiblər, kərpic eləyiblər. Siman işlətmirlər. Siman fəqət saxtmana işlənər, karşı fəqət oraya işlənər. Qalan yer, hər yer əkinəklərə, hər yer yaşıllıq olar, gözəllik olar. O dedim, bunların hamısı hangi millət geri qalmışlıqdır, metri var, ölçürlər. Deyirlər ki, bu millət bu cürsü rəftar edir.
bu cürsi davranır, təbiəti ilə, mühiti ilə, ağacı belədir. İndi məsələn mən burada bir diqqət eləsəz, görsədim. Bilmirəm, görə biləcəksiniz yox. Burada bir ağac var, kəsilibdir. Bir dənə də ağac orada kəsilibdir, kötükləri qalır. Bu ağaçları niyə kəsiblər? Həmsayələr, qonşular gəlib burada etiraz edir ki, ağaçları kəsməyin. Buna görə ki, deyirlər burada bir tufan gəlibdir. İndi ehtimalən sabahda da deyirlər belə bir tufan gələcək. Bu tufan gələndə qarla yağış yağıbdır, donubdur soyuğuna. O donandan sonra bu ağaçlar sınıflar düşüblər yerə. Qonşular da gəlib deyib ki, sizin ağacınız da tərpəşir, bunu kəsin. Yıxılacaqdır, damlara dəyər. O da biyimə görə pulun verər, biyimə də çox ağırdır. Gələr 1000 dana bəhanə çıxada verməz ki, adam zora düşər, çətinə düşər. O cür bir iş görüblər. Mən bildiyim şeydə Şimalda bu cürsi xanımlar düyünü belə əkirlər, dəstə belə götürürlər. Əlbəttə mənim kimi yoxdur, onlar xeyirxeyirlər. Şimallı xanımlar maşallah. Bizim Tarumda zıttı da belədir. Gəldik, yaxınlaşdıq. Çox zəhmət çəkməyən iş, bilirsiniz, bu Amerikalı Kanadalılar bizdən çox işləyirlər. Çox işləyirlər. Kanadada, Amerikada çox adam mühəndis, doktor olmaq istəyir. Çünki hamı deyir ki, mən işləyəcəm, tutuq adam, pul lazımdır. Və həm dərs oxumaq biraz çətindir, ağırdır, həm də boşdur, ağır borcda düşürlər. Onun üçün bunlar şey eləmirlər, yəni çox dərs oxumağa fikir vermirlər. Elə bu rahnımayı dövrəsində ya dəbilistan dövrəsində bunlara deyirlər ki, istəyirsən nə kar olasan, deyir ki, məsələn, filan, deyir ki, sən məsələn tanışqaha gedirsən. Biri deyir, mən istəyirəm təhqiqat edəyəm, gedəm bir şey məsələn ixtira edəyəm, iktişaf edəyəm, deyirlər sən get danışqa. Biri də deyir, mən istəyirəm filan işə gedəm, deyirsən get filan kollecə. Kollecə gedirlər, məsələn o işi öyrəşirlər, onun dalısından gedirlər. Və dostlar, bu əknicə işi çox pullu bir işmiş. Mən şəxsən bilmirdim bunu. Mənəcə deyirsəydim, Kanadaya gələndə bu işə girərdim. Gedərdim kollecdə bunlar oxuyardım və bu işə girərdim. Amma təəssüfanə, çünki biz bura gələn insan sıfırdan aşağıdan başlayır. Çünki sıfır nədir? Sıfır odur ki, buradakı adamlarla bir vəziyyətdə başlayasan. Yəni deyəsən ki, burada mənim sinnim çoxdur, tamam. Amma buranın cəvanları da işə girəndə, məsələn, təcrübəsiz girirlər, mən də təcrübəsiz. Burada olursa sıfır. Riqabətə girəcəksən cəvanlarla. Amma yaşda biraz keçibdir, o da var, o da olmur. Niyə eləyəcəksən? Bir dənə deyirsən ki, tamam, mən bir dənə ayrı iş görüm, görüm ki, şey olar, işə girim ki, şey olsun. Orada görürsünüz ki, dil lazımdır. Hər işə girsiniz, dil lazımdır. Dil də olanda, yəni ki, dil başarmırsan. Qanun başarmırsan. Bilmirsən nə var, nə yox. Gör, nə qədər davaya düşürsən. Sən dil öyrəşincə neçə il çəkir. Və çünki işə girəcəksən, o dili də öyrəşənməyəcəksən. Yəni, dili də dil səviyyəsində öyrəşənməyəcəksən. Dili də öyrəşəcəksən, o həddəki, məsələn, geçinəsən. Yəni, biz dili dil həddində başarmırıq. Məsələn, mən türküdən və farsızdan başarmıram ki.
Biz dili çox az başaracağıq. Çünki dedim, o fürsət yoxdur, o məcal yoxdur. Uşaqlar, bəlkə onlar yaxşı öyrəşirlər. Onlara yaxşı olur. Amma onlar heç biraz yaşları keçib də onlar dili öyrəşə bilməyəcəklər. Yəni o şansları olmayacaqdır ki, yəni biz dili öyrəşdik yaxşı. Olur içində, onlarda bəzi adamlar vaqəən iradəli adamlar vardır ki, çətinliklərə dözürlər, gedirlər məsələn ayrı adamlarla bir otaqda qalmağı qəbul edirlər. Oradan eləyə bilirlər ki, tövsəyə taparlar, eləyə bilirlər, inkişaf edirlər, eləyə bilirlər özlərinin çəkələri yuxarıya. Amma məsələn 1000 dana deyək ki, Torontoda məsələn deyək ki, 100.000 dana İrandan gəlmiş adamlar var. Farslı, Türklü, Ərəbli, Bəlqli, Kürtlü, Orli, Buli. Hello, Henry. Henry Valencia. Selam oğlum. Benim bir nəvəm var, adı Henry'dir. O gətirdiğinde dədəsi aparır. Burada dədə deyirlər. O, biz də qədim dədə deyərdik. Mən özüm heç vaxt demədim bizim şəhətdə. Bir-iki nəfər dədə deyərdi, qalan hamı qağa deyərdi. Sonra bəzən bəzisi gəldi Təbrizdə, baba dedi. Biz yox, elə qağa dedik, elə indi də qağa deyərik, mən dədəmə qağa deyərəm. Dostlar, bir şey də yazsız görmürəm. Həm kamera uzaqdadır, həm də ki, məndə o şey yoxdur indi. Bunların bəzən də bu mərcilər özləri düşürlər yerə, yol, yağış bunları özü bitirəcəkdir, düzəliblər. Bunlar, əlbəttə bunlar bayaq dedim, yemək də olar. Yəni, lazım deyil, hətmən əkaq. Bunlar elə, bu düzü yaşıllıqdır, göy-göyrəntidir. Bunları şey eləmək olar. Yeməyə salat kimi eləyib, yemək olar. Ben şalvarımıza bu değişeymişim. Burada dizini yere bir rahat oturabilərmişim. Şimdi yavaş-yavaş görürəm ki, ağırlığa geldi. Bədenim ağırlığı biraz dişlərim başladı. Bacaqlarım ağrımağa başladı. Amma güllərimizdə əzirəm, öz aramızdır. Bir dəfə də bunların üstünə istirdik güllərə də şey eləyək. Taza həm torpaq tökək, həm də ki bir şoxun kimi eləyək ki, torpaq biraz yumuşaq olsun. Buradan sayaq görək. Biraz bu Kanada, Amerika fərqli bir ölkəymiş. Hello. How are you? How are you? Good, thank you. Burada insanlar birbirlerine çok yaxşıdırlar. O da bir iş məsələdir. Heç kəs bir-birinə o qədər gəlib getmirlər. Bizim yəni qonşular bir-birlərinə çağırmasan, deməsən gəlmirlər, getmirlər. Amma məsələn indi mən buradayım. Oradan hər kəs keçsə salam əleyk edir. Halal soruşur. Bəzən məsələn gəlib görəcəklər, soruşacaqlar ki, nə edirsən, nə əkirsən. Onun göylləri var, biraz bu şeyləri bir-birlərinə danışmaqda da istəyirlər. Böyük şəhərlərdə yoxdur. Böyük şəhərlərdə insanlar çox maşın olublar. Sübh gedim işləyim, axşam gəlim, bir istirahət edin gedib.
İrandan taza gələnlər burada mən ay klaba gedim, ay bir məşrub içim falan. Elə bir 2 ay, 3 ay, 5 aydan sonra bıxarır. Çünki adamlar fürsət tapırlar, məşrub içirlər. Fürsət tapırlar, gedərlər klaba. Yox, bütün şey yoxdur. Çünki adam işləməyə məcburdur. Maşın alır, qısıtla alıbdır. Ha, İrana görə ucuz ola bilər. Məsələn, maşın da alıbdır 55 min, 60 min dolara pul alıbdır. Amma pul yoxdur ki, bunu versin. Özünün hüququ il başlasın 40 min, 20 mindən başlayırsa, məsələn, 50, 60, 70 minə qədər. Tamam, eləyə bilməz. Gələ, məsələn, 55 min verə nəqd bir maşın ala. İndi onun 13% şeyi var. %13 də maliyyatı var, vergisi var. Onu eləyə bilməz. Onun üçün adamlar nə edirlər? Bankdan götürürlər. Ya məsələn, nuzulçudan götürürlər. Bankda indi qabaqdan məsələn %5 alırdı maşına, evə az alırdı, %3 alırdı, %2 alırdı. İndi eləyib də bank eləyib %7. Amma nuzulçulardan da xəbərim yoxdur, heç eləyiblər. Bunlar da güvəyərib aşağıdan. Bunlar güvəyərib. Onun üçün adamlar burada onu almış, vaxtında verməsə bir ay gözlür, bir aydan sonra gəlir, həciz deyirlər Türkiyədə, gəlir, pulu niyə vermənsən, yox, həm cəmiyyəti var, həm də ki, əlindən alır, hüququ zadım olsa onları dondururlar, onun üçün gecə günü çalışmalısan, pul qazanasan, borçlarını verirsən. Hamı istər ki, məsələn, bunun ərzişini saxlasın. Dostlar, ayaqlar deyilir ki, burada ət İrana baxanda ucuzdur. Amma mənim kimi kasıb adamlara ucuz ət var. Yəni, mütəvəssit adamlar. Onlar üçün dövlətlidirlər. Məsələn, həman ətin müxtəlif yerlərini bölüblər. Bir şey də belə İranda da belə olar. Əti bölürlər. Adamlar gedir onu, məsələn, kilo 70 dolara alır, 80 dolara alır. Yoxsa onu biz eləyə bilmərik da, yəni biz təbəqəni deyil. Çünki biz vətəndən qaçmışıq, borcuna gəlmişik, çıxmışıq bura, çünki çox bir vəziyyətdə gəlmişik. Biz xanım Şeyx-i İslami kimi, ya filan kimi şey eləməmişik, xilas eləməmişik, gəlməmişik. Oğurluğundan gəlməmişik, canımızı götürmüşük, gəlmişik. Onun üçün, bəli, burada bəxt olmur bu şeylərə. Umarım ki, dostlar, vətənini abad eləmək üçün hər kəsən qolun çırmalı almalıdır. Vətəni düşmən abad eləməz. Vətəni sən abad eləyəcəksən, mən abad eləyəcəm. Nə cür abad eləyəcək? Sərvətimizi saxlayaraq. Vətəndən sərvət eşiyə çıxmayacaq. Baxın, dəxil bilirik da nədir? Hamımız bu dəxili tanıyırıq ki, dəxil nədir, işi nədir? Fikir edin ki, evdə dədə, nənə, uşaqlar işləyirlər. Hamısı işdir. O sizinlə yetişiblər, hamısı işdir. Bir dənə evdə qalırlar. Kirayə getmir ailəyirlər. Yəni, məsələn, 5 dənə uşaq var fikir edin ki, məsələn, bunların 5-də bu evdən işləyirlər. Hərəsi ayda 10 milyon gətirir. Dədə də işdir, nənə də işdir. Olur 70 milyon. Bunun 10 milyonun 20 milyonu yemaqlarına xərcləyirlər. 40 milyonu yemaqlarına xərcləyirlər. Yəni 30 milyon qalır axı. İl başı bu edir 300 milyondur, 350 milyon. Hər nə qədər. O pul edir. Onu verir, bir sərmayə edir, bir iş görür. Uşaqların birində bir iş yaradır. Ya bir ev alır, o ev qalır, verir kirayı, oradan bir pul gəlir. Ya bir bağ alır, bir şey alır. Bilirsiniz? Bu o şeydir, yəni pul buradan çıxmır. Amma indi o 5 evlad işləməyələr. Bir qala dədə ilə nənə. Dədə ilə nənə işdir.
Onların da gəlir ilə hərəsi ayda deyək 10 milyon pul çıxartdılar, 20 milyon. Bu neyle 20 milyonu yediler, qalanı ne yiyecekler? O uşaqlar nə cür evlənəcək, nə cür maşın alacaqlar falan. Çünki onlar biz özümüzə gərək məsuliyyət hiss edirik. Mən işləməliyəm. Mən bu vətənə çalışmalıyam. Yoxsa ayrı yerdən adam gətirməyəcək ki, vətənə. Siz əgər hətta işləsəz, indi deyək ki, o 7 dana dediyimiz ailə, dədə, nənə, 5 dana da uşaq işləyirlər hamısı. Zəhmət çəkir. Amma hər kəsin işlədiyi xəşlir. Nişanlısı var, nə bilim, qonaqlığa gedir, restorana gedir, yoldaşı ilə o üzə gedir, bu üzə gedir, xəşlir. Bu evə pul qalmır. Hamısı gedir eşiyə. Bu ev gün-gündən fəqirləşir. Bir şey sınsa, bir şey xərab olsa, maşın, yumaq maşınıdır, buzdolabıdır, hamısı xərab olsa, ev qaldı. Bunun üçün hamı işləmək məcburiyyətidir. Kanadada 18 yaşına yetişəndə çox ailələrdə, hətta milyarderlərdə uşağa deyirlər ki, ya ayda kiraya verəcəksən, qalacaqsan, xərci də şərik olacaqsan, ya da ki, gedəcəksən. Bu cür deyir ki, yox, xərcidə məsələn nə cür şərik olurlar. Deyir ki, bu evdə məsələn 4 nəfər qalırıq, xərci 4 yerə böləcək. Bərqin pulu 4 yerə, suyun pulu 4 yerə, qazın pulu 4 yerə və 4 yerə böləcək. Sən kirayəni də verəcəksən, evin kiraya, ya da ki, eşikdə kirayə elə. Çünki eşikdə də həmandır, getdi eşikdə bir dana otaq kirayə eləsə, məsələn 2000 dolar. Bir dana 18 yaşında da misliyə çıxıbdır, indi dəbiristanını da qutarıbdır, diplomunu alıbdır. İndi istə dədəsindən ayrılır gedər. 2000 dolar bir otaqdır. Tuvalet, hamam da öbürslərin müştərəkdir. O birilərlə birlikdə gedəcək və hər kəsən vaxt alacaq, vaxtını necə edəcək bu tuvaletə? Səfər duracaqlar. Yol. Ondan sonra sudur, qazdır, bərqidir. Bu cür məsələn buranın xərci var. Bura küləşiləcək, buranın çəməni olsa çəmən biçiləcək, qışlı qar töşüləcək. Bunların hamısı sən eləyəcəksən, mən eləyəcək, kim eləyəcək bunlar? Bunun üçün burada mən əgər inşallah ömür olsa sizə bu Kanadanı göstərəcəm. Bu illərin özünə bir bərnamə açmışam ki, Kanadanın sistemin göstərir. Kanadada nə cür yaşırlar, nə cür vətən eləyirlər. Nə cür buranı vətən eləyiblər, nə cür buranı dəyişdiriblər. Adamlar sistem qurublar. Amma özləri qurublar, ayrıdan gəlib bunları qurmayıb ki. Heç bir dövlətdən gözləmirlər. 170 ildir bura dövlət olubdur. 170 il sabiqəsi var. Tarixi 10 min il, 5 min il, 2 min il deyək, yox. Onları ötürün. Tarixin çoxluğu ilə daşımışdır dostlar. Tarixin çoxluğu müstəmiri yox da. Baxın, deyək ki, Azərbaycan torpaqlarında, Güney Azərbaycan torpaqlarında 4 min ildir, 5 min ildir, 10 min ildir yaşırıq. Mühüm deyil. Nəyimiz var indi? Nə, harbi yox. Hangi sistem? Hangi şey? Mən əgər buranı göstərsəm, indi əlimdə torpaqlıdır, amma ora baxsız, ora biraz çaladır, apardan göstərərəm. Yolun birazı dövlətindir, yolun qırağı, oradan bu həyətin deyil. Yolun qırağından, məsələn, buradan, silmirəm, görsənizlər yox. Bu dəstgahar var, bu həyətindir, bu dəstgahar var. Buradan o yüzden dövlətindir. Amma sənin vəzifən nədir? Sənin vəzifəndir ki, buranı sən otun biçəcəksən. Sən buranı təmiz saxlayacaqsan, sən buranı yetişəcəksən. Dövlət orada bir ərq qurubdur. O tərəfdən yağış, su gəlsin, oradan geçsin, kanal düzəldir, gedib o başa. Amma özləri düzəldirlər. Yəni kanal, o şirkət ki, buranı başlayıb düzəldər, nəqşəsini çəkir, nəqşənin üzü ilə evləri edir. Hərdən bu özlərindən hükümlər, üstündən orada görərsiniz. O
bu vətənə. Eləyə bilirəm ki, toxum əkəm, eləyə bilirəm ağac əkəm, eləyə bilirəm ağaçları yandırmayam, eləyə bilirəm ki, abadanlığına özümcə şey eləyəm, eləyə bilirəm ki, adamları örgədəm, beləsi vətəni saxlamaq olar, beləsi saxlamaq olar. Vətəni saxlamaq, hər kəsən özü bir şey bilir. Bir dənə xanım toxunma başarır toxusun. Can köynək toxuyur, zoraq toxuyur, nə bilim, çantaya çift toxuya bilər, cantayı toxuya bilər. Gəlir bir örgədir. Yemək pişirir. Biz bir-birimizə köməklər eləməliyik. İş quraq, ayaq üstə duraq. Vətənin bir tərəfi insanlardır, insansız vətən olmaz. Vətən o yerdir ki, orada yaşırsan, insan deyər, insan olduğu yerə deyər vətən. Nəinki hər yerə ki, mən indi burada yaşıram, mənim vətənim oradır, mən buranın özümə vətən seçməmişim. Mən bura məcburən gəlmişəm. Amma orada ki, yaşırsan, yaşadığı yer vətəndir. O vətəni sən abad eləyəcəksən. İran dövləti gəlib səni abad eləməyəcəkdir. İran dövləti sənin düşmənindir, səni torpağı işğal eləyibdir. Buradan hangi dövlət qurursan onu yıxmağa çalışıbdır, səni edam eləməyə çalışıb, səni zindana salmağa çalışıb. Bunları biləci yox, yəni vəziyyəti kamil fərqinə keçməli yox ki, bu nə cürdür? İndi bizim Urmuc gölümüz var, aradan gedir. Amma Fars dövləti İsfahana su çəkir. Orada məsnun göl düzəldir. Niyə? Çünki o deyir, mənim vətənim Azərbaycan deyil ki. Azərbaycan mənim deyil ki, tezə ayrılacaq. Bunu şey deyibdir də, hamımız bunu bilirik. Xameneyinin müşaviri rəis danışığı Azadır bir zaman vilayəti, Ələkbər vilayəti. Uşaq döktürür. Mən istəyirəm ki, burada bir işdir görəm. Burada bir dünya, bir neçə yüz dənə indi var ki, cücəriblər, amma yəni kamil şeyə yeşənməyiblər. Onların da üstlərini örtün. Həkim, onlar da bu da dəniyə çəksinlər. Bunlar bitərlər və gözəl bir bizə bir gözəllik verərlər burada. İndi bunların da arasıyla belə bir xətt çəkilir. Əlimizi belə bir şeylərə batırmaqla bizə heç kəs zərər eləməz. Amma gələn illəri bizim torpaqlarımız güclənər. Bunlara əhbaqla, hər nə əhsaq, bizim gələn il vətənimiz, onlar ən azı budur ki, qurtquşlarımız, çoxlu qurtquşumuz, heyvanımız olar. Onlar bizim vətənimizdir. Yəni o qurtquş dediğimiz canavarı da bizim vətənimizdir. Serçəsi də, kəhliyi də, ceyranı da, ayısı da, tülküsü də. Vətən dediğiniz elə onlardan ibarətdir. Yəni, onların hamısı əl-ələ verir. Adamları ilə bərabər hamısı əl-ələ verir. Bir qavram yaradır, ona biz vətən deyirik. Biz onu özümüz eyni bu cür zəhmət çəkməliyik. Bu qədər belə ağac götürəcəksən, cibindəki dənələr əkəcəksən. İnsanlar belə tərəqqi edirlər. Bayaqlar bir amar oxudum, bir nəfər əlbəttə danışırdı, videosunu gördüm. Bilmirəm, YouTube'da gördüm, harada gördüm, onu bilmirəm mən dair, amma bir dənə Fars oğlandı, danışır. Deyir ki, keçən 2 həftədə İsraillə Qəzzəlilərin savaşında, Filistinlərin savaşında 200 neçə nəfər, 260 nəfər, 270 nəfər adam öldü. Acıdır, çox acıdır. Ukrayna'nın həman 2 həftədə Ukrayna'nın şeyin arasında,
Rusiyanın arasında olan savaşda 370 nəfər ölübdü. Geçen 2 həftədə, o da acıdır. Geçen 2 həftədə dostlar, İranda, bu xəraba məmləkətdə hamı özün vurub dəliliğə. Öz əhliyalını götürür, mindirir maşına, hızla, sürətlə gedir özün vurur o yüzünüzə. Mən nə var 5 dəqiqə tez yetişəcəm. O 5 dəqiqəni də tez yetişmir. Özü də ölür, əhliyalı da ölür. Hələ dünənki amara görə də adam bu gün verildi. Bəlkə də elə bugünkü amardı, bilmirəm. Adam deyir ki, 700'e yaxın şeydə, İranda geçen şəkildə maşınlar adamlar təsadüflü ölüblər. Dostlar, bu nədir bir xəstəlikdir? Niyə belə olmuş ki, biz məsələn, nəyə müsabiqə veririk? Məsələn, filan yerə indi getməsək nə olar? Filan yerə indi getməsək, əgər məsələn, bir saat bir vaxt geçsək nə olar? Özümüzü, ailəmizi çox acı bir duruma salmasaq, ölümlə üzbəyüz eləməsək nə olar? Hanımdan istəyərim ki, şlankını getirsin. Biraz sonra su verək, ölməsinlər. Əlbəttə yağış yağacaq, amma o yağış yağınca biz nə deyirlər? Bunu görək nə olur, haradır. Əlbəttə bu sularındakı var, bunların bir dənə iradı var dostlar. O da budur ki, bu sular kolorludur. Kolorlu su bunların yekəlməsinə zərərlidir. Bu dostlar şeydi, aydat. Okey. Börükcan, kırmızı börükcandı. Bunlar bu suyla çaş eləmiyor. Bunları biraz ələk elə su verək ki, ölməsinlər. Ölməsinlər, o yavaş-yavaş ki, sıralar dizələr. Amma təbiətə gedəndə dostlar, eləyə bilərsiniz ki, elə beləsi ötürəsiz, təbiət özü onu ya torpaq eləyəcək, ya da yekəldəcək. Xüsusən dağlarda, bərələrdə mal heyvan yeməsə, o ağac ola biləcəkdir və çox böyük bizə xidmət eləyəcəkdir torpağımıza və kəndimizə. Okey, istəyirəm şafi. Mənim əlimi də zəhmətli burada tutsun, nə bir yoğaram. Yox, otu yox, bunu azıq. Tamam. Gəl. Gedək səriyə. O birisini gətirirəm. Bağla. Suyu gəldi bura. Okey. Arz edeyim ki, biz gəldik və biraz istirahət elərik. Sonra o birisi tikəni eləməyə başlarıq, əhməyə başlarıq. O cürsə bizə yaxşı olar. Dostlar, dedim, vətən dediyimiz dostlar, ibarət şeydən də, ibarətdir torpaqdan və
onun üstünde yaşayan adamlardan, heyvanlardan. Biraz hava soyuq idi. Gəldik, bilmirəm. İndi dostlarım, əgər sözü də olsa, sualları da olsa, mən sevinərəm ki, burada yazsız cavab verərəm. Hətta bunu gətirirəm yaxına ki, görürüm nə yazırsınız. Yazsaz ya dostlardan istəsə Kanada haqqında ya tamam. Kanada haqqında, vətən haqqında, vətənə borcumuz haqqında. Dövlət burada heç kəsi məcbur eləmir Kanadada ki, sən həyata əkməlisən və yaxud saxlamalısan. Dostlar, burada çox fərqlidir sistem. Siz bu, məsələn, deyirsən, çəməndir, tamam, çəmən əhdə şeydir. Bir çəməni vurmaq var. Ona gəl bir maşın alasın, onu vurasın. Yəni, hər ilk həftədən bir çəmənləri yekəlirlər. Onu gəl vurasın, gözəl eləyəsin. Biraz məsələn, pis olsa, pıntı olsa tülküsü, məhəllənin ərziş gəlir əşaya. Heç kəsənə demir, ya pıntı saxlırsan. Hərdən bir gəlirlər, məsələn, buranı belə eləsən yaxsın, ya mən gəlin vurun, məsələn. Məsələn, biz geçən illər məruz idik, keçən il. Eləyə bilmirdik, vuraq. Bir qonşumuz var. O gəlirdi, vururdu. O calib bir adamdır. Onu bəlkə desəm yaxşı olar, çünki tanımırsınız, gülməli olar, heç olmasa. Adam arpa suyu içir. Abdul. Arpa suyu içir. Bu bir şort giyir, daha üstdən heç zat giymir. Bura bir xişab bağlır. Kəmər bağlır, texi xişab. Güllə yeri. O güllə yerinə şey qoyur, abcoları qoyur. Arpa suyunun qutularını qoyur onların yerinə. Başdır, məsələn, çəmənləri vurmağa. Bir gün vaxt qoyacaqdır da, az deyil ki, yəni, məsələn, burada bizim o dayaqları göstərdiyim yeri istəyərlər vurarlar, bir gün vaxt aparır. O bir günü görürsən ki, əlində bir dana bu, oradan da itəlir, özlə mızıldaya gedir. Məsələn, beləsidir. O, məsələn, fəqət icazə istəyir. İcazə verirsəz, mən sizin də həyəti vuraram, məsələn. Okey, məsələn, mən də məruzəm, məsələn, okeydir. O, onları vurur. Belə bir şeyləri var. Amma özləri eləyirlər. Onu vurdunuz o çəməni. O çəməni eşiyə atmaq lazımdır. Hara yığacaqsan? Mən özüm vurmuşdum, bizim bir dostumuz var, dedi ki, bunları qoyun qalsın, qurusun, torpağa atışdırın, torpaq qudrətlənsin, güclənsin. Çox da sevdim bu fikri. Töhdü orada çəmənlərin üstünə, sonra gördük ki, o çəmənləri yeyibdir. Həm özü çürüyübdür, düzdür, çürüyübdür, amma o çəmənləri də çürüyübdür. İndi gərək pul verək, çəmən toxumalaq, səpaq olar. Bu da bir məsələdir. İndi onu eşiyə atmaq üçün hara aparıb atacaqsan? Bura hər yerə apanmasa, çöplük deyil çöp. Küllükxana yoxdur burada. Deyəsən, mən aparacaqam, atam küllükxanıya. Küllüklük yoxdur. Nə edirsən? Deyir ki, gedəcəksən, 5 dolar verəcəksən, ya 10 dolar verəcəksən, 5 dana kağız qutu alacaqsan, naylon torba yox. Kağız torba alacaqsan, kağızdan, siman kağızı kimi olur, eyni ona taydı, siman kağızı kimidir. Onlardan alacaqsan, gətirəcəksən, yığacaqsan içinə. Ayda bir gün maşın gəlir, şəhər idarənin maşını, bələdiyyənin maşını gəlir. O maşın bunu yığıb aparacaq. Ya da ki, özün öz maşınına qoyacaqsan, aparacaqsan bələdiyyənin ora. Orada aparıb özün boşaldacaqsan. Yəni, çəməni saxlamaq özü bir puldur. Məsələn, mən hesablırdım, il başınızdan 200 dolardan çox fəqət çəmənə xazal, indi ağaç məsələn orada payız gələcək, xazal olacaq. O xazalları gərək yığasan, gənə həman o torbalara
kağızdan torbalara, plastik torbalara yığsas heç yerə qoymazlar. Yığacaqsan ona, aparacaqsan çölə. Həman orada dedim, bələdiyyənin şeyi var. Orada boşaldacaqsan ora. Əlbəttə ağaca, yəni ağacın yarpağına və çəmənə pul alır. Amma indi o ağacı kəsəsən, istəyirsən onun qanadların, kötüyünü aparıb atasan, hər 100 kilona 75 dolar alır. Bu da özü bir məsələdir. 100 kilonaca müftədir, elə bir 100 kilodan yuxarı qiymət var. İndi yadımda deyil, bunun üçün ki, mən aparıb atmamışım. Amma o özü bir şeydir. Bəli, bunu insanlar o gözəlliği yaratmaq üçün, ləzzət aparmaq üçün o zəhməti çəkirlər. Vətəni belə eləyirlər da, dedim, Kanada 177 il ya 178 ildir dövlət olubdur, federal olubdur. Dövlət qurublar. 5 dənə iyalət yığışıblar, Quebec bunların başında gəlir. Məsələn, fikir sahibi Quebec imiş. Gəlin biz bir məmləkət olub, Kanada adında bir məmləkət düzəldik. Bu 5 dənə yığışıblar, bir-birlərini danışıblar, bir-birlərini müttəhid olublar. Onun üçün demişəm, Kanada 12 məmləkətdir, 13 dövlət. 13 dövlət var, 12 məmləkət var, 13 parlament var, məclis var. Qanunlar üstə bir-birinə bənzir. Üstə. Amma məsələn, mən Albertada təsadüf eləmişdim. Ambulans gəldi, məni götürdü, gətirdi xəstəxanaya. Oradan da apardılar bir ayrı xəstəxanaya, əks fulana. Çünki mən o Albertalı deyiləm, mən Ontario dövlətinin vətəndaşıyam, buradan vətəndaşıyam. Oradan mənə şey göndərdilər ki, bir belə verəcəksən. Təqribən hər dəqiqəsini deyə bilirəm 100 dolar pul salmışdı ambulans, hər dəqiqəsinə. Məsələn, məni 20 dəqiqə bura aparmışdı, 20 dəqiqə ora 4000 dolar pul istədi. Bilməm də yox, şuraya özün verəsən. Mən indi öz bilməmlə bu iyalətdəki bilmə ilə savaşıram ki, mənə sən gərək şey verəsən, sığorta, bilmə türkcə sığorta deyirlər. Sığorta gərək verəsən, oranı gərək verəsən. Hələ alanmamışam, 2 ildən də çoxdur. İndi 25 aydır mən o təsadüf eləmişəm, aşmışam. Amma hələ feylən oradan ala bilməmişəm o pulu. Çünki burada dedim, dövlətlər sonra da çoxalıb, çoxalıb. İndi də 2 dənə dövlət danışır, Kanadalılar danışırlar, ya bu dövlət 12 dövlət, 13 dövlət danışırlar 2 dənə ayrı millətlə ki, onlar da çox azlıqdırlar. Vətənləri çox böyük vətənləri var, amma hələ Kanadaya qoşulmayıblar. Məşrut qoşulublar, şərt qoyublar ki, biz qoşulaq sizə, əgər bizə faydası olsa qalarıq, olmasa qalmarıq. İndi Quebecdəki istəyir ayrıla dostlar, Quebec özü quranlardandır. Yəni, əsli quran, əslən fikir sahibi ki, bir federal dövlət yaradaq, Quebecdir. Onların da dili fəransəlidir, özləri də fəransəlidirlər. Əcib fikirlər gəlir zehnimə. Bayaqdan işləyirdim, çox gəlmirdi, amma indi fikirlər gəlir zehnimə. Calib bir məsələlər var. İndi Quebecdə bir dənə hizb yaranıbdır. Quebecus adında Quebeklilər. Ya, Quebeklilər. Bunlar istiqlalçıdırlar. İstəyirlər Kanadadan indi ayrılırlar, müstəqil dövlət olarlar. Amma bu cür istəmirlər. Deyir ki, Kanadanın dünyada iqtisad gücü çoxdur. Torpaq gücü çoxdur. Cəmiyyəti Quebecin çox azdır. Çox azdır. Məsələn, 4 milyon, 5 milyon cəmiyyəti yoxdur heç. Amma Kanadanın 35 milyon, 40 milyona yaxın cəmiyyəti var indi. Deyir ki, mən istəyirəm səndən ayrılan müstəqil olam. Neçə il bundan qabaq deyibdir? 20 il bundan qabaqdan başlayıblar ki, bəlkə də qabaqdan. Biz istəyirik müstəqil olaq. Kanadanın o birisi dövlətləri deyir ki, niyə istəyirsən müstəqil olasan? Nə istəyirsən ki, bax onu bizdən istə. Biz veririk sənə də, niyə istəyirsən ayrılasan? Ayrılma. Biz səni istəyirik saxlayaq. Yaxşı dostluğumuz var, vətən yekədir, ayrılsan, çıqqılı olacaqsan, gücün olmayacaqdır, iqtisad gücün zəif olacaqdır filan. Deyir ki, əvvəl bu şeyi
Hamımız gələk mənim dilimi oxuyasınız. Mən sizin dilinizi oxumasam da oxumamışam. Siz mənim dilimi oxuyacaqsınız. Dedilər, tamam, oxuyarıq, oxuyarıq. İkinci bu ki, sizin pulunuz var, mənim pulum yoxdur. Mənə pul verin. Gətirin, burada pul qoyun, mənim torpağımda iş yaradı, mənim adamlarım işləsin. Tamam. Tamam dedilər, işləri tamam apardılar Quebecə. Quebec şəhərlərinə iş doldurdular. Bu İngilis, bu 11 danası İngilis dillidir. O bir dana Fransa dillidir. Apardılar orada sərmayə qoyurlar, pul yatırdılar, iş düzəldirlər. Oradakı adamlar işləsinlər, razı qalsınlar. Onlar da günü-gündən millətçiləşirlər. Deyir ki, tamam, mən Fransalığıma dayandığım üçün güc qazanıram. Niyə dayanmayayım ki? İndi deyir ki, rəy verdilər. Dedilər, tamam da, məsələn, bunları elədilər. Rəy verdilər, rəy gətirmədilər. Bir neçə il bundan qabaq gəldi, davam var. O hizb aradan getməyib. O hizb dövlət qrupdur. Yəni dövlət indi o idarə edir. Ələn dövlət istiqlalçıların əlindədir. Quebec dövləti istiqlalçıların əlindədir. Deyir ki, ayrılaq. Deyir, tamam, ayrılaq da. Tamam, rəy verin, ayrılaq. Rəy versinlər. Deyir, amma belə yox. Siz mənim dilimi gəlin oxuyacaqsınız. Mənim pasportum Kanada pasportu olacaq. Çünki Kanada güclüdür. Mən istəmirəm fəqət Quebec adı olsun. Məsələn, Kanada adı mənim üstündə olsun. Amma mən sizin görürsünüz nə cür istir ayrılsın? Mənfəət istir. Deyir, ya əslində nə ediblər? Ağıllı siyasətçidirlər. Deyir ki, mən səni deyəcəyəm, ölümə deyəcəyəm, sən təbə razı olacaqsan. Mənə imkanat ver. Oradan imkanat alır. Bilirsiniz dostlar, nədir? Deyir ki, mən istiqlal istəyirəm. Bunlar ona imkanat verirlər. İndi tamam bu 11 iyalət hamısı Fransa oxuyur. Tablolarını çeviriblər Fransaya. Çox əcibdir. Amma o yox. O yox. Əlbəttə, onlar da İngilisi başarırlar. Hamısı savadlıdırlar, ağıllı, huşlu başlı adamlardılar. Hamısı İngilisi başarır. Amma çoxu danışmır. Buradan gedirik biz ora, deyir ki, məsələn, İngilisi danışırsan, mən də işimə görə işlirdim də, gedirdim, gəlirdim. Bəzisi deyir ki, sən niyə İngilisi danışırsan, Fransa danışırsan? Deyirəm, axı, mən Fransa başarmıram. Deyir ki, mən məcbur deyiləm İngilisi danışıram. Sən bura gəlmirsən, sən gərək mənim dilimi danışasan. Mən turistdən ötürü, işdən ötürü dilimi dəyişməyəcəm ki, sən ki bura gəlirsən, işin mənə bağlıdır, gərək mənim dilimi öyrəşirsən. İranda bunun tersidir dostlar. İranda bunun dəqiqən tersi. Deyir ki, məsələn, bir dana türk mümkündür bir farsından evlənə. Bir dana ərəb mümkündür gələ Azərbaycanda işləyə. Bir dana Azərbaycanda mümkündür gedə məsələn Bəluçistanda işləyə. Ya gedə danışqahda dərs oxuya, ya evlənə. Deyir, neynə? Deyir, tamam, belə əsasdan deyək. Əvvələn bu danışqah sistemi taza belə eləmişsiniz. Yəni 1375-80-dan bu üzə elədilər ki, bu geçsin ora, bu gəlsin bura. Qabaqcın hər kəsin öz məntəqəsində dərs oxurdu. Ya sərbazdır deyir, bu nədir danışdıq? Deyir, tamam. Hər kəsin öz iyalətində sərbazçılıq eləsin. Hər kəsin öz məmləkətində dərs oxusun, öz vətənində dərs oxusun. Hər kəs istər biri ilə evlənə, gedər onun dilini öyrəşər. Lazım deyil, hamı üçün 5 nəfər evlənəcək, mümkündür 5 dana Təbrizli, ya Azərbaycanlı, ildə məsələn, ildə yox. Ömürdə məsələn, mümkündür ki, 100.000 dana Azərbaycanlı isə 100.000 dana farsla, ərəblə, bəluçla, fulanla, lorla evlənə. O 100.000 nəfərdən ötürü 40 milyon nəfərin dilini dəyişdirməzlər ya, onları deməzlər, səncə dərs farsı ol, farsı dili öyrəş. Deyərlər ki, o 100.000 nəfər hər kəsin öz vaxtında, o vaxtda ki, deyir, mən gedirəm orada dərs oxuyam, mən gedirəm orada işləyəm, mən gedirəm orada evlənəm. O zaman gedər o dili öyrəşər, ya gedər orada öyrəşər, ya burada öyrəşər, gedir bura. Necə ki, məsələn, İranlılar, indi deyək ki, 5 milyon, 7 milyon İrandan gələn insanlar Kanadada, Amerikada, Avropanın müxtəlif məmləkətlərində yaşırlar. Bunlar Kanadalılar dillərini dəyişməyiblər İran dilinə ki, onlar gələndə bura rahat olsunlar. Bəlkə onlar bura gələndə gedirlər əvvəl dilini öyrəşirlər ya da gəlirlər burada pul xərcləyirlər, dilini öyrəşirlər. Yəni bir millət buna görə ki, mümkün 4 nəfər bura gələ,
4 dənə mühəndis gələcək, projelər orada işlər, mütərcim tutar. Biz milli hökumət çağında, yəni şəhid peşələri dövrəsində biz bu işi gördük. Dövlət yaratmışdıq. Dövlətimizin rəsmi dili və millətimizin rəsmi dili türkçü dilidir. İndi Tehrandan gəlirdi, Ərəbistandan gəlirdi, ayrı yerdən gəlirdi Azərbaycana, hər kəs hər yerdən, Türk gəlirdi. Onlara mütərcim verirdik. İdarələrə gedirdi, deyirdi, ağa, mən məsələn farsam, deyirdi, okey, sən gözlə, sənə bir dənə mütərcim çağıraq gəlsin. Bir dənə mütərcim gəlirdi. Bir dənə Kürt gəlirdi, tamam, sənə bir Kürt mütərcim verir. Kürtü bilən, türkünü bilən. Erməni gəlirdi, sənə bir erməni bilən dili verəcək. Mütərzimi verəcək. İşlərini belə görürdü. İranda ağıl sistemi yoxdur. Ağıl sistemi olmadığı üçün insanları bir-birinə düşmən edirlər. Yadımdadır, bir gün Türkiyədə məndən soruşdular ki, üst adamlardan soruşdular ki, sizə İranda neynəsələr İrandan qalarsınız, ya niyə İrandan ayrılırsınız? Dedim ki, siz İran'a ötürün, siz öz məmləkətinizə baxın, öz torpağınıza baxın. İranla nə işin var? Sizin İran nə sistemdədir, nə cürdür, sizin dərdiniz deyil ki. Bizim dərdimizdir. Sizin dərdiniz öz torpağınız olsun. Bizim dedələrimiz, türk dedələrimiz bu torpaqları neçə yüzillər saxlayıblar. Bayaqları ərz elədim ki, dünyanın ən uzun imperatorluğu Türk imperatorluğu olubdur. Uzun yaşayan. İngilizistan imperatorluğu, Rusiya imperatorluğu, komünist imperatorluq 80 ildə qurtuldu getdi. Tezar imperatorluğu çox az sürübdü. O da fikirəm 150 ildən zaddan çox çəkməyibdi. Katrindən başlayıbdı, qutarıbdı da sonra. Yəni fikirəm 150 il çəkməyibdi. İngilizistan imperatorluğu imperator olma dövrəsi 120 il zat çəkdi, çox çəkmədi. Hətta bəziləri deyirlər ki, 98 il, 97 il çəkdi. Amma mən o gündən qoyuram ki, deyirəm, məsələn, Hindistanı ələ keçirdəndən biz hesablasaq, o zamandan hesablasaq, ya Kanadanı hesablasaq, Kanadadan hesablasaq 170 il. 170 il. Bu da calibdir. Bunları deyəcəm, biləcəm, bəzi məlumat verəcəm. Biraz dedim, bu günləri uzun olacaq, çünki bu günləri bu göyərtini də bəlkə apardım, əhdim. Amma ona bağlı olmayacaqdır. Yəni, mümkün deyil, birazdan sonra bağlayaq proqramı. Dostlar, Hindistan, Kanada işğal olandan bu yüzden hesab edir, 170 il. 170 il buranın imperatorluğu çəkildi, dağıldı, getdi. İngilizistan dağılıb gedilməməlidir. Amma ağıllıdılar. Necə ağıllıdılar? Dedi ki, sən nə istəyirsən? Hindistana dedi, sən nə istəyirsən? İstiqlal istəyirəm. Tamam. Bir şərtinə sənə istiqlal verirəm. Nə şərtinə? Bir şərtin yox, 2-3 şərtinə sənə istiqlal verirəm. Əsli şərtin nədir? Əsli şərtin budur ki, mən dünya ilə savaşıram, mənim sərbazlarım siz olacaqsınız. Siz gedəcəksiniz, mənim üçün öləsiniz. Hindistan ki, deyirlər, ha, Hindistanlılar qan vermədilər. Yalan deyirlər. Yalandan deyirlər, Qandi qan vermədi. Qandi ən xəşin inqilab idi. Əsl sülhülü bir inqilab yoxdur. Qandinin inqilabı tamam bir 2-ci Dünya Savaşının sərbazları, əskərləri hindilidir. Qandigil verdilər bunlara, qərardat bağladılar. Məclisə getdi Qandi. Qandinin adamları getdilər İngilistanda məclisə. Siz bizi rəsmiyyətə tanıyın. Qol verin ki, biz dövlət olacaq 2-ci Dünya Savaşından sonra. Biz sərbazlarımız sizə getsinlər, savaşsınlar. Bir Riza Şah qaçanda, o Riza Şah dedikləri adam qaçanda 2 qordan İrana hindili girmişdi, İngilisi girməmişdi. Başlarında olan fərmanda belə İngilisi deyildi. Hindili idilər. Tamam sərbazlar ki, Rusiyada savaşdılar, hər yerdəki savaşlar, Almanla, filanla, Bəhmanla, hamısı hindili idilər, hamısı öldürəcəkdilər. Hindilərə də, İngilislərə də önəm daşımırdı ki, İngilisin balası deyildi ki, ölür ölsün, mənə nə?
Amma Hindistanda liderləri deyirdi, biz müstəqil olmaq üçün 10 milyon da ölsə okeydir. Bu cürsə oldu Hindistan oldu müstəqil. Fikirləmin ki, Hindistan Qandi xuşunətamiz deyildi, filan idi, çox belə. Bunlar hamısı yalandır. Bunlar brainwashing sistemdir. Sizə də demirlər ki, İngilistan 17 milyon adam öldürüb ən azı Hindistanda. Xuşunətsiz olsaydı bu 17 milyon niyə ölürdü? Bütün de yani bizim brainwash olmuşuq. Biz dünyada hər şeyi mübarizə mədəni... Nə mübarizə mədəni? Mübarizə mədəni ya nəmə? Ya nəmə əsli nəmə? Əsən mədəniyyətin mənasını bilirik. Mədəniyyət, yəni şəhərçilik. İndi mübarizə mədəni ya nəmə? Məsələn, maşınla gedək bura öldürək. Bunu deyə bilərsən. Məsələn, şəhər işlərində dövlətlə əməkdaşlıq eləmiyor. Bərqi işlədək pulun vermiyor, suyun işlədək pulun vermiyor. Məsələn, Hindistanda çox pis işlər gördülər. Bu mədəni savaşlardan biri ki, adət olub onlara, mütəəssifanə. Xiyabanda fınqırmaq, xiyabanda divarın dibinə pişab eləmək. Xiyabanda biri yatırsa əl vurma, ölürsə əl vurma. Qalsın, iylənsin. İnsanlar adət ediblər, indi də o cürdür. İndi də o cürdürlər. İrcənmaqları zətləri yoxdur, filanları zətləri yoxdur. Amma Kanadada onlar geçsələr bir divarın dibinə o işlərini görsələr, polis gələr, tutar aparır zindana. Mübarizə mədəninin əsl mənası yəni nə mənə? Sən kiminlə mübarizə mədənisən? Dövlət, hangi dövlət mədənidir? Əsl orada dövlət mədəni var. İngilistan dövləti gülləni çəkib tak, özə hindili sərbazlığına, İngilisi sərbaz yayır. Hindili sərbazı tutub deyir ki, hindililəri vuracaqsın, o da vurur, tut. Sən də deyirsən ki, tamam, mən istəyirəm mədəni eləyəm, yəni mənə, neyəcəm? Qandinin öz hizbi silahsız idi, amma orada o qədər silahlı hizbilər var idi ki, bizim bu cür çox beynimiz fərqli qurulubdur. Saat qurmaqları yadınıza gəlir də. İndi mən qədim saatları yadımdadır. Taza saat işimiz yox, amma mənim telefonu var. Telefonu qururuq. Saata qururuq, saat zəh vurur. Biz istədiyimiz zaman özümüz qururuq, biz iradə edirik. O saat özü iradə edir, o telefon iradə eləmir. Mən iradə edirəm ki, səni saat 12-yə qururam, ya 12-ni 2 dəqiqəyə qururam, ya 8-i 7 dəqiqəyə qururam. Mən iradə edirəm ki, sən bu zənci vuracaqsan. Bu zəncin də formatı mən deyirəm. Hangi səs ilə mənə aid? Quş səsi ilə aid, telefon səsi ilə aid, qədim telefonların səsi ilə aid, hər nə ilə aiddirsə mənə aid. Mənim iradədiyimi, istədiyimi o telefon edir. Bizim də beynimiz o cürdür. Bizim qruplar Qandi, mübarizə mədəni adı yəni nə mənə? Mən məsələn nə mənə istəyirsiniz deyəsiniz. Bir nəfər bizə desin ki, mübarizə mədəni nə mənədir? Xuşunətsiz mübarizə. Mübarizə ilə xuşunət bir yerə, yəni mübarizənin xuşunət içindədir. Siz mübarizəni xuşunətdən çəkə bilməzsiniz. Adamın ruhunu çəksin deyərlər, ölər ha. Mübarizənin də içindən xuşunət görürsünüz, mübarizə olmaz ki. Dostluq olar. Biz bu vəziyyətdə bir beyni yıxanmış bir millət. Bizim əlimizdə olan sirvəti alırlar. Vətənimizdə olan sirvəti alırlar. Dedim, baxın, bu bir sirvətdir da. Baxın, bu səbzi bir sirvətdir. Bu sirvəti biz əlimizlə bu günləri neçə min kilo, neçə milyon kilo bu günləri atdıq eşiyə. Hər ev 3-4 dona, 5 dona bunlardan düzəldir da, hər cürəsin. Hər cürəsini düzəldir. Müxtəlif şəkillərdə bunlar edirlər, düzəldirlər. Apardıq atdıq çölə. Pulumuzu, sərvətimizi atdıq çölə. Bu vətənin pulun vurduq, yandı, getdi.
Amma bu Kanadalı bunu çevirir pula və sirvətə, dünyaya satır. Bu son zamanlarda, son zamanda 2 il yıllar təsadüfün mütəvəccüh oldum ki, burada bir şirkət var. Kanadada. Alberta'dadır. Alberta'da bir dağ var, ucadır. Çox ucadır. Getmişəm. Alberta'nın orada bir dağda kompresör qoyublar. Cıqqılı qutuları alırlar. Havanı kompresörlə doldururlar onun içine. Mesela 3 kilo, 5 kilo olur. Ne kadar olur bilmirəm. Litre hesabı satırlar. Kilo mürəbbə satırlar. Bilmirəm havanı nədir satırlar. Buradan dünyaya hava satır. Buradan dünyaya bu səbzini satır. O günləri itmişdim burada. Getdim bir yere gördüm, bir tane zəmidir. Yazıb ki bura eksperimental zəmidir, farmıdır. Ne edirlər? Orada adamlar otururlar. Mesela bu buğdanı belə eləsək nə cür olar? Genlərini değiştirirlər, DNA'ni değiştirirlər, nəyin değiştirirlər, signallarını değiştirirlər, neyin bilmirəm. Amma orada oturublar bunları değiştirirlər. Qarpızın dənəsi yoxdur. Qarpız əkirlər. Nə cür əkirlər? O qarpız necə qarpızdır ki, özü dənədən çıxır, amma dənəsi yoxdur. Və biz bunu yeyirik. Tamam mərisliklərimizin hamısı yeməkdandır, dostlar. Yeməklərimizi değişsək, mərisliklərimiz değişər. Niyə yeyəcəksən? Qeydin çətlərizə. Məsələn, Tehranda qalmışsan, Təbrizdə qalmışsan, getmişsən bir dənə damxada tutmuşsan, ayda 10 milyon, 15 milyon kiraya verirsən, yetişmirsən, hırsdan filanla. Qeyd ki, kənduva oğlan. Get evi düzət. 4 dənə kərpici qoy bir-birinin üstünə, 2 dənə təxtə at üstünə, gir ora. Kəndində 4 dənə yeruvu ək, yer almanı ək, soğanı ək, sonduru ək, zincir nə olur? Cəbra, yəni bu da bir bəladır ha, yəni nə bunu ölçəşmiş o, nə o yadımızda qalıbdır. Zəncəfil. Zəncəfil eyni yer alma kimi, biz o şey deyirik ha, bunu gətirim görsədim. Bax, ay. Mən fikrim dostlar, bu nədir, nədir? Torpaqdan çıxartmış, hələ yüməmişik. Amma bilərsiniz bu nədir? Bunu biz həyətdə 1 kilo dostlardan biri gətirmişdi bizə. Bunu elə keçən illər həyətdə orada-burada quyladıq. 10-15 kilo verdi. Bizi bu saxlasaq 1 il görər. Hərdən bir yeyirik. Buna biz şəlqəm deyirik, əgər iştibah eləməsən. Azərbaycanda farslar buna sibzəmini şey deyirlər, turşu sibzəmisi. Biyol. Yeməklərinizi değiştirin. Çox adamlar indi İranda sərətan tuturlar. Çox adamlar İranda indi sərətan tuturlar. Biyol. Hey. Okay. Niyə sərətan tuturuq? Hər yer sərətanla doludur, ayrı mərislik var. Yeməkdandır. Niyə qalmışıq Tehranda, Təbrizdə, Kərəcdə, nə bilim, filan yerdə dilin yaxçı bilmirik, məsxərə eləyirlər, evimiz yoxdur, yurdumuz yoxdur, kirayədə oturmuşuq, iş tapamırıq, uşaqlarımız bilmirik nə olacaq, motad olacaqlar, qaçaqçı olacaqlar, kimlə evlənəcəklər, kimlə ərəc edəcəklər, kim müzahim olacaq, kim piçaq keçəcək, kim oğurlayacaq, bunları fikrini eləyincə. Məhriyalızın əlindən yapışın, durun gəlin kəndizə. Müftə yerinizdə oturun, damxazı tikin,
Kiçik bir damxa. Dikin, oturun içində yavaş-yavaş düzəldərsiniz. Başlayın əhməllərinizi əkin, yer almazı əkin, satın. Zəmiləri çevirin yer almaya, soğana, zəncəfilə. Görsə, eyni zəncəfil də eyni bu şeydir, budur. Eyni elə şey kimi əkirlər, yer alma kimi əkirlər. Yer alma kimi onun da şeyi vardır. Kəsirsən, qoyursan ora, yerə, yekəlir. Bir yol. Onu yerdən çıxarırlar, çox baha. Çox baha. Sat dünyaya, sat elə orada. Yerin üstündə işlə. Özün çıxartdığın bilginlə ki, mən nə əhmişəm, nə yeyirəm. Buna sən verməmişəm, pud verməmişəm. 4 dana arı saxla, nə bilim, bir iki dana qoyun saxla, keçi saxla, toyuq saxla, qoy orada yesin. Bizim burada qoymur, dövlət zahirən buranın şeyində qanununda qoymur. Yoxsa mən istəyirəm burada bir heç olmasa bir tıqqılı qəfəs düzəl də bir 10 dana toyuq saxlayam, yumurtasını yeyərəm. Özüm bilirəm ki, nə yeyirəm. Mən indi görürüm, iştibah eləmişəm. Kaş gedəydim biraz uzağa. Bir böyük yer tutaydım. Məsələn, bir 2 hektar, 3 hektar. Öz yer almamı, soğanımı, meyvəmi əkəydim orada, ağaçları. Mən indi burada özüm bir 16 dana ağac əkmişəm burada. Bilmirəm neçə il oturacağam burada. Kirayə verəcəklər, verməyəcəklər, olacaq. Amma yenə də başladım, dedim, kim? Olmaz məndən sonra xeyrat ehsan. Dədəmin, nənəmin, babalarımın ruhuna ehsan. Yəni, ağacı əkək. Ya yiyərik, qismət olar, ya da qismət olar, yiyərlər. Budur da, bir ağac əkək, meyvələrimizi sataq. İndi də qədim deyir ki, bir dənə naylon çəksəz belə, kümə eləsəz, çadır kimi, içində qışda da belə əkincək saxlaya bilərsiniz. Çiyələk əkərsiniz, müxtəlif, çoxlu xiyar, badımcan falan qəşəng keçinərsiniz. Niyə getmişsiniz Tehranda? Tərbizdə, Kərəsdə, orada, burada müstəcir, çox pis vəziyyətdə yaşırsınız. Hangi faydası olur sizə? Get vətəni var. Oradakı 15 milyonu versən, kəndində bir balaca bir damxa düzəldərsən, oturarsan içində. Gələni biraz izafə elərsən, o birisini biraz izafə edərsən. Lazım olduğu dərsi oğlun oxuyar, qızın oxuyar. O şeyi oxuyar ki, gələ orada, o kətdə onu yarada, onu düzəldə, onu apara qabağa. Mən dostlarımla danışırdım. İstirdim köçən Türkiyəyə. Mən vətənə yaxına köçmək istirdim. İstirdim köçən gələm Türkiyəyə, ya Azərbaycana. Dostlarımla danışırdıq, neynəmiyək. Mən təsadüf elədim. Açdım maşınla, getdim, düşdüm dəriyə. Eləyə bilmədim tərpəşəm. 2 ildə çətin oldu mənə. İndi də bunu gördünüz işləyirdim, məsələn. Gördünüz də necə yavaş, nazla falan. Çünki vəziyyətim hələ o qədər yaxşı deyil ki, özümü işə verə biləm. Amma dostlara dedim ki, bunları danışacaq. Bunları mən o milli mədrəsə dediyimiz şeyi ki, açıq inşallah. Görək, çalışaq, görək sizlər nə istəyirsiniz. Onların üzü ilə bir milli mədrəsə açaq. O milli mədrəsədə müxtəlif dərslər deyiləcəkdir. Biri də elə bu işdir. Hangi işlər var pulçuğada. Çox az sərmayə ilə. Canımız sərmayə. Əsli sərmayə canımızdır. Və dostlar, bilmirik hava öləcəyik. Bunları yadınızda saxlayın. Mən təsadüfdən bu üzə bir dəfə öldüm. Yuxuda gördüm, öldüm. Yəni, yuxuda yox. Gördüm ki, ölürəm. Dəcür oldu, dirildim, orası mühüm deyil. Yazmışam, əlbəttə qoymuşam, internetdə var. Hər şey sizə oxuya bilər. Mənim weblogumda o var ki, nəcür öldüm və öləndə nəcür hiss elədim filan. Sonra nəcür dirildim. Təsadüfi bir vəziyyətdə dirildim. Burasını geçək, orası bir ayrı məsələdir. Yol. O dostlarla danışırdım vətənə gəlmək üçün. Müxtəlif işləri axtarırdıq. Nə iş mən gəlim orada görürüm. Az pulunla bir iş görə biləm. Mən bu Kanadada bir iş gördüm. Ki, bayaqları dedim, ha, 0-dən aşağıdır. Buna görə. Gördüm ki, burada adamın 1 hektar yeri var, 2 hektar, 5 hektar, 10 hektar yeri var. Hektar hesabı. Yol. Heç iş görmür orada. Fəqət gətiribdir. Hər 10 santıda ya 20 santıda bir dana alma əkib. Alma.
dənəsini quyulayıbdır, ya məsələn evdə dənələri tökübdür bir şeyə qaba cücəriblər, aparıbdır hər 10 santıda bir dənə alma əkibdir, almanın cücərəni əkibdir. Bu cücərib olub 1 illik, 2 illik. Çıxadır birini $50 satır. Mən getdim burada ağac satandan aldım da o bağa getməmişdim, bilmirdim onu. $100 aldım ağacın biri. O $50 satır bunu. $10 satsın belə. Siz 1 hektarda, 1 ildə 100.000 ağac əkərsiniz. 100.000, bəlkə də çox. Bəlkə də çox. Hər metrdə 50 dənə ağac əkərsiniz, 20 dənə ağac əkərsiniz, 20-ni vurun 10.000-ə, hektar 10.000 metrdir da. 100.000 elər. 100.000 ağac. Birin 100.000 tüməndən satsaz ki, fikirəm 70-80 min tümən 2-3 il bundan qabaq idi. Birin 50.000 tüməndən satsaz belə 100.000, o da 50.000. 100.000 dənə ağac 50.000-ə şey eləyir. Fikir edirəm ki, indi şeyim yoxdur ki, burada hesablayam. 100.000-in 5 nöqtəsi var, 50.000-in 4 nöqtəsi var. 9 nöqtə elər. 9 nöqtə elər milyard. 5 milyard pul elər. 5 milyard. Xərcləyin buna yax 20 milyon. Özünüz də işləmisiniz, ili başa baş o da 200 milyon. Olsun 300 milyon sizin bu da ili başa öz işlədiyinizlə, xanımınız, uşaqlarınızla hər şey köməkliği 300, 400, 500 milyon. 1 milyar. Orada 4 milyar il başı şeyiz var. Fəqət ağaçlar. Heç işdə görmürsün. Fəqət bir dəfə əkdiz getdi. Niyə getmirik? Niyə özümüzü çətin işə salırıq? Dostların biri püstə örgədir, püstə. Püstə ağacını nə cür əkin? Fəqət kafidə örgəşək ki, püstəni nə cür əkə bildik, yekəldə bildik. Gələk oturaq, ağacın birini sataq 100.000-ə, 200.000-ə. Girdəkan, ərik, hər nə mənə, portağal. Əslən dostlar, bu Kanadada bir dənə əcib işlər var. Bu xiyarı salıblar, dənəsi göyərib, qoyublar şeydən, o güldanlar var, belə çıqqılı şeydəndir, ya plastikdəndir, bu çıqqıllıqda. Yumurtadan biraz çıqqılı, ya yumurta içəlikdə. Hətta yumurta qablarına qoyublar. Çoxu yumurta qabındadır. Qoyublar onun içinə, məsələn yumurta qabında 16 dana. 16 dana qoyub onun içində, torpağı da oradadır, dənəsini qoyub orada. Məsələn bunu verir, xiyar əkibdir orada. Verir $10, $15. Badımcan, şitili. Hər şitil $3. Hər şitil $3. Zıqqılısı. Əgər biraz yekəlmiş olsa $5. Biraz da yekəlmiş olsa, üstündə çiçək açmış olsa $10. Çiyələk toxumu. Bir dənə çiyələyi dostlar, bir dənə çiyələyi. Üstü çiyələk o birisi meyvələr kimi deyil, içində olar. Üstündəki o dənələr ki var, o toxumudur. Bir dənə onu qoyun torpağa, belə eləyin, tökün torpağa. Acıdan su verin. 20 gündə, 30 gündə bu yekələcək. Dənə hesabı Kanadada $2 satırlar. Hər dənəsi, yəni cüzərmişin də, cüzərən şeyi satırlar. Məsələn olub 4 sant, 5 sant. Satırlar $2, $3, $5. Baxın, niyə gedib özümüzü bu tür bir işlərə vermirik? İndi də ki, internet əlizdədir. İnternet əlizdədir. Instagram var, Telegram var, nə bilim, TikTok var, Facebook var, filan var, YouTube var. Mən bir dənə Çinlidir ya Japonludur, bir dənə xanımdır. Bir bağı var. Məsələn, gördüyüm mənim budur. 3 dənə mango ağacı var, 2-3 dənə portağal ağacı var, 2-3 dənə moz ağacı var, filan. Bəhmə beləsi. Moz ağacı illikdir, o da ağac demir, yox, şeydir, bitkidir, bütün bir bitkidir. Yekəli, gedir göyə, qarğıdır. Amma onu kəsəndə də ağacı vururlar, dibdən kəsirlər, salırlar yerə, meyvəsini çeyirirlər, bir də tazaşdan yekəlir. Yox, adam bu
ağacı əhmağından ta gəlib keçəlincən film görsədir, canlı. Mən indi dizi ilə danışıram. Eyni bu cürsə canlı görsədir. Sonra bu canlı ilə oturur, mən bunu çevirim biraz da mühriti görsədim sizə. Həm də ki, indi bunu başarsam əgər. Hə. Bir yol. O onu görsədir, götürür, yığır, dərir bunları yetişəndə, aparır, hamıdan tez satır. Çünki müştərilər onu onlayn görüblər, sifariş verirlər, deyirlər, gedir orada oturur, hamı gedir oradan. Onlardan da əhs alır, onlardan videosunu çəkir, onlarda qoyur, təşviq olurlar. Biz keçən illəri buradan bir bitişədən, baxın, bir metrdə deyil, eni yarım metr olar. Baxın ki, torpaq taza qazmışıq buranı. Buradan 10 kilo şey götürdük. Dediyimiz o şey, indi adı yadımdan çıxdı bax. Bu görürsünüz şeylər, bu börükcandır dostlar. Qırmızı börükcan. Gedin börükcanı gətirin, əkin həyətinizdə. Baxın bizim burada indi baxın bunlar cəzənədir. Mən keçən illəri bunun, keçən il yox, 2 il bundan qabaq bunun bir dana parçadan Kanadada yoxdur, bu çox azdır, cəzənə. 2 il bundan qabaq getmişdik bir parça, gördüm orada bunlardan var. Bu cəzənədir, bunlar cəzənədirlər. Bu cəzənələrdən 2-3 dana biz götürdük, verdik bir nəfərə. Sonra bura biz daşınandan sonra adama dedim ki, mənə bundan bir şaxə vericini. Yox, mən ondan öz həyətimizdəki burada. Bunu əhmişdik. Baxın, geçən illəri əhmişdik. Bir iki şaxə idi, bu illəri buradan gəlibdi. Buradan gəlibdi. Bunlar hamısı şey olacaq, bu puldur. Bunu dərəcəksən, əkəcəksən. Məsələn, bu, əgər bizim yəni öz yerimiz olsaydı, mən bunu məsələn, əvəzinki bir belə olsun, tuxumun kollə bura səpsəydim, tuxumu çox çıqqılıdır, çox çıqqılı. Bunun birinin tuxumu sizin 1 hektarınızı görər. Bunu qəşəng dərəcəksən, yığacaqsan, göndərəcəksən. Bunun çayını sata bilərsən. Çayın. Ice tea deyirlər ha bu Kanadada. Yəni soyuq çay. Bunu qaynədirsən, yığırsan şeyə, qablara, nuşabə qabına. Satırsan nuşabə vəzinə, insanlar nuşabə vəzini içirlər. Axı, niyə özümüzü getmişik, çətin yerdən pul qazanırıq? Əvəzin gedəm, çıxam saxtımanın başında bəhənlə fəhləlik eləyəm, gələm, düşəm yerə öləm ki, gezi tezi belə olacaq. Gəlin bu işi görək da, gedək sadə işlə pul qazanaq. Siz eləyə bilərsiniz, məsələn, yarpız əkəsən, gedib çaydan yığmayasən. Yarpızı götürəsən, həm özün sata bilərsən yaş-yaş, həm qurusunu sata bilərsən çox baha, həm də ki, onu çay eləyə bilərsən, çayını satarsan. Ərəğini çəkib ərəğini satarsan. Yəni, özümüzə çox belə çətin bir işlər yaradırıq. O halda ki, çox rahatca pul qazanmaq olar. Çox rahat, çox rahat. Yəni, biz keçən illəri bu kərdidə, bu simlər görürsünüz, badımcan əhmişdik. Burada bir cür badımcan var, uzanıyır, gedir göyə. Bu iplərlə, bu plastiklərlə bağlamışdıq bura. Bir ilimizin demək olar badımcanın verdi, özümüzün və xanəvadəmizin, yəni mənim uşaqlarım, damadlarım, bacımgilin filan bəhman. Biz buradan bir 9 aylıq buradan meyvə, badımcan götürdük. Bir bu şərdi var, eni 60 sant olar, boyu da 1 metr 20 sant olar olsa. Buradan ora. Burada soğanlar var, baxın biz soğanda əhmişdik yanında filan. Burada sarımsaq ək. Sarımsağın kilo filan qədir. Soğanın kilo filan qədir. Heç yer alma demirəm, yer almanı mən əksən, mən özümə əkərəm məsələn. Amma bu şeylərdir, bunlar nədir? Dostlar, indi tapsam adın, nə ingilisini tapacağım, nə farsısın. Gör, elə bir dərdə düşmüşük ki, yaman dərdə. Bir dərdə düşmüşəm ki, heç kəs bilmir nədir, budur, ha bizim vəziyyətimizdir. Vətənsizlik, dostlar, millətsizlik belə bir şeydir. Bunun adı Kale-dir. Kale. İngiliscə, bilmirəm, farsçası, türkçəsi nədir? Kale deyirlər. Çox baha bir şeydir. Bunun bizim yerdə cirvənkə deyərdilər. Yarım kilodan az olar cirvənkə. Bir cirvənkəsi 2 dolardan 4 dolara candır. Yəni bunun
yarpaqlarının ikisi, üçü elir məsələn bir girvənkə. Bu da bu sınıq var, baxmayın bu. Bu indi məsələn bunun ikisi, üçü $1. Yoxdur, bunu qışı əkəcəksən. Özü qışı da davam gətirmişdi. İndi biz bunu mənim qızım şey elibdi, bunları doğrayıbdı ki tazası gəlsin. Bunlar məsələn qışdan qalanlardır, salim qalıblar. Olardı. Baxın, kafidir ki siz bunları gedəsiz deyəsən ki mən istəyirəm pul qazanam. Gedəsən pul qazanasan. Və pul qazanmağın yolu çox rahatmış. Biz çox çətin. Mən özümü deyim, mən dostlar çox çətin yol seçdim pul qazanmaq üçün. Çox iştibah elədim. Çox əslən dünyanı fərqli görmək, fərqli düşünmək lazımmış. Lazım deyilmiş özümüzü çox öldürək. Baxın, məsələn, kəndinizdə sizin bir bulaq var. Məsələn deyirəm, baxın, şeyə gedəndə, üç qardaşlara gedəndə, indi Qərədağlılar bilirlər haranı deyirəm. Ya məsələn, Qələbabəkə gedəndə o dərədə bir bulaq var. Üç qardaşlara gedəndə orada bir dənə su axır, soyuq. Ya məsələn, orada bir Motallıq var, Motallıq deyə bir kət var, orada bir hamam var. Onun bir isti suyu var, kükürtlü bir suyu var. Məsələn, niyə biz bunların suyunu satmırıq? Niyə məsələn, o soyuq bulaq dediyimiz soyuq bulağın suyun bir lülə çəkib orada bir özümə tərəf oradan bir lülə çəkib bir bu su nuşabə qablarına doldurub satmırıq. Yəni mədəni sudur da. Mədəni su nədir dostlar? Göydən gəlmir ki. Kəndimizdə bulaq var filan yerdə. Nədən onun suyunu satmırıq? Hə? Niyə? Niyə məsələn turist dediyiniz nədir dostlar? Turist dediyiniz budur ki, bir dənə adam istəyir getsin yeri dolansın. Axı sən Tehranda oturmuşsan nəyə? Kərəçdə oturmuşsan nəyə? İsfahanda oturmuşsan nəyə? Dostum, Duca bir iş gör da. Oradan denən ki, mən hər həftə Azərbaycanın filan məntəqəsinə dolanmağa 5 günlük tur aparacağam. Bir belə də pul alıram. Pul qoy. Hər kəs yemağını, içmağını özü alacaq. Mən fəqət aparıram, dolandıram. Kətləri dolandıracağam. Dağları dolandıracağam. Götür gəl onları dolandır. Bir kətdə. Kətlilərlə danış. Əslində özün ki, kətdə ev tək. Denən ki, gecəsi məsələn 100.000 tüməndə hərə bu evdə qalana pul alacaq. Hotelə elə bir gedir da. Hotel 50.000. Gecəsi 100.000. Sən orada il başınacan o evdən 1 milyard pul çıxadarsan. Yəni turistləri aparacaqsan ora. Evi kiraya verəcəksən. Evi kiraya verəcəksən dolananlara. Eşik çox soyuqmuş, çox soyuq. Mən heç fikirləmirdim bir belə soyuq olan, amma çox soyuqmuş, üşüdüm. Çox hesabı üşüdüm. İndi yenə gəldik içəriyə. Mən bunu açsın və bunları bu günləri bu təbiət günün şey eləyərək, bəhanə eləyərək istədim ki, biraz bunları danışaq. Vətənimizə görə danışaq. Vətəni saxlamağa görə danışaq. Fikirləşək. Ağır yoldan, çətin yoldan pul çıxartmayaq. Çox sadə yoldan pul çıxarda bilirik. Məsələn, Kəndivanın suyunu bilirik ki, yəni gedib buradan alırıq da əslində. Gedib bir pul veririk, gedib oradan doldururuq. Məsələn, ona tay nə qədər Savalanın suyunu niyə satmırıq? Ya filan bulağın suyunu niyə satmırıq? Ya məsələn, meşələrimizi dolandırmaq. Adamlara fəqət meşə dolanmaq turisti. Gedəcək meşə dolanaq. Bir dənə tur götürürük, 3 günlük tur. Təbrizdən, Tehrandan, hər yerdən götürürük, gedib kəndimizi dolanırıq. Sərmayə gətiririk bura.
Yəni, baxın, pəxillikdən zaddan geçək. Deyək ki, həm mənə, həm vətənimə, həm mənə, həm kəddimə, həm mənə, həm şəhərlimə. Hamımıza çıxsın. Hamımız rifahda olaq. Vətən budur, dostlar. O zaman ki, hamı deyir mən, İranda indi o cürdə hamı deyir mən. Onda vətən yoxdur, heç kəs vətən. Hamı qaç, hamı oğurur, hamı qaçaq. Hamı hər şeyi satır, hamı vətəni satır, hamı qaçaq edir, hamı ixtilas, hamı rüşvət, hamı çünki hamı deyir mən. Amma o zaman ki, sən nəzərə al, mən, vətənim və mən və millətim. Onda deyəcəksən ki, mən bura turist gətirsən, bu kətdə qatığı satılar, balı satılar, murabbası satılar. İndi baxın, mən özüm bu fikri öz oğluma dedim. Mənim oğlum bir dənə həyət alıbdır. İçində 20 dənə alma ağacı var. Vəhşi alma. Əlinə ləhmə dəyir. Vəhşi almadır. Bir tüpdür. Nədir olub bir tüpdür? Almaları çıqqılı, qurtlu, mutlu filan. Çoxdur. 20 almanaq yeməkdən qutarmaq olmaz ki, 20 almanaq açsın. Özü çox gətirir. Pıtraq olur. Oğluma dedim ki, gəlinim durdu. Dedim ki, murabba bişirin, bunları qoyun satın. 2 həftə sonra gördüm gəlinim nümunə gətirib bizə. Şüşələri alıb, çıqqılı banka alıb, şüşə banka. Murabbanı bişiribdi. Yığıb onun içinə. Gətirib bizə. Nə cürdür? Çox ali. Mən özüm olsam oradan 100.000 dolar pul çıxadıram. O 25 ağaçdan. İndi bunu düşünürəm. Ha? O 25, baxın, 100.000 dolar sıxmasın, 20.000 dolar. Mən bəyə ildə neçə işdirəm ki? Mən özüm burada indi bayaqları dedim ki, biz buracılarında sıfırdan aşağı başarırıq. Çünki neçə il çəkir, biz dil ölçəşək ki, eləyə bilək, burada danışaq, işləyə bilək. Tamam. İndi gəldik burada, mən neçə işdirəm, gedirik saatı, məsələn, tirelidə işləsəniz sizin 20 dolara, 21 dolar, saatı. Onda 10 saat işdirsən, 200 dolar, 210 dolar, 24 saat o tirelidə gələk yatasın. Çünki burada qanun var. Hər tireli sürən, Amerikada 10 saat gündə, 24 saatda 10 saat sürə bilər, Kanadada 24 saatda 13 saat. 13 saatdan sonra kompüter səni qoymaz işləyəsən. İşləsən, təsdiqi alarlar əlində. Laysensi alarlar. Onun üçün, sən işlədin, yoxsa, il başı, həftədə 5 gün işləyəcəksən, il başı eləyəcək, məsələn, filan qədir. Necə 24.000, 25.000, 30.000. Sənin pulun eləyəcək, çox eləməyəcək. Yoxdur. 20 dənə ağac əksən, alma ağacı. Deyək ki, nədir o, heyva ağacı, üzüm, hər nə. Onu murabba eləsən, onu turşu eləsən. Yəni, bəy, ayrı yerdə işləyir, özümüzə işləyək, özümüzün ağamız, özümüzün rəisimiz oluq da. Necə özgənin saxtımında işləyirəm ki, necə də nəqqaşlıq, fəhləlik eləyirəm ki. Gedim öz bağımda, ağaçları əkim. 2 ildən sonra ağaçlar var, mən indi Kanadada görmüşəm, bəlkə indi hətmən orada da var. Ağaçlar var ki, 2-ci ildən alma verir. Heyvanın biri 2 dolardır Kanadada. Siz satın birini 50 sentə. 50 sentə. Gətir Türkiyəyə, gətir Avropaya. 50 sentə. Gətir vur ki, şeyə göndərəcəksin Kanadaya. Birinin 50 sentə, birinin 20 sentə. Birinin 10 sentə. Dünyanın pulunu qazanacaqsın. İnternetinlə otur ki, mən bunu satırım. İnternetdən sat geçsin. Murabba ilə sat geçsin. Turşu ilə sat geçsin. Niyə biz belə özümüzü, niyə çətin pul qazanırıq? 20 dənə ağac mənim bir ilimdən çox çıxadar bizə. 20 dənə ağac. Amma bağdara satmayacaqsın. Üzürsən, çodara satmayacaqsın. Vəsətdə alıb satanı satmayacaqsın. Özün onu çevirəcəksən, internetlə müştərilərə satacaqsın. 10.000 dənə sənin adamın olsun. 5.000 dənə, məsələn, mən burada 5.000 dənə adam var. Mənim bir dənə o cür bir işim olsa və bu Kanadada olsa, çünki mən burası da bilirəm da, İrana hissə satanmıram ki. Məsələn, mənim 20 dənə ağacım olsa,
5 milyonda. Oradan deyəcəm, ağacım elə indi başlayıb əkəndən çiçəklərini göstərəm. Uşaqlar, bu 20 dənə ağacın çiçəkləri var. Bunları mən yetişəcəyəm, yetişəcəyəm. Baxın, sən vurmayacağam, falan eləməyəcəyəm. Sizə organik meyvə verəcəyəm. İndidən də göstərirəm, axirdə dərəndə də göstərəcəyəm. Hər kəs istəyir, məsələn, bir cəbəsi, məsələn, bir belə dolar, bir belə tümən. Kilo bir belə tümən. Hər kəs istəyir, gəlsin, bağımdan özü dərsin. Çəkəcəyəm, gələcək olur. Bağıma. Orada da 3-4 dənə otağım var. Hər kəs qalır, gecə qalsın orada. Gecəsi məsələn 100 min, 200 min oradan alacağam. Ətin, toyuğun, orada düzəldərəm toyuğun. Keçidən boyundan saxlaram, inəkdən saxlaram. Onu sağarıq, onun südün, pənirin, qatığın, şorun, ayranın sataram onlara. Arımdan, balını sataram, filandan, bəhlandan. Şah kimi yaşar. Məcə dünyanın hər arasında işləmirlər, keçinirlər ki. Məcə Tehranda işləmir, keçinir. Elə burada işlək keçinir. Xüsusən ki, indi internet çağında qazanmaq rahatlaşır. Mən çox belə bəzən baxıram internetdə öz elə adamlarla dost olmuşam internetdə. Yəni bir tanımıram beləsin, o da məni tanımır. Heç nə o bilir mənim adım nədir, mən nə onun adını bilirəm. Amma adam görürəm, xanım, qız görürəm, cirdəşanları yığıbdı, ya püstəni yığıbdı, ya badamı yığıbdı, ya hər nəyi. Zeytunu filanı. Deyir ki, bunu gedib kilo məsələn 500 minə alınca püstəni, ki, məndən ala 50 minə. Niyə almayayım ki? Mən özüm buradan həvəs, əncir filan, bəhman, mən özüm buradan həvəs elədim, niyə almayayım? Məsələn, nə olubdu? Başıma daş dəyibdi. Murabbanı mən gedib buradan bilmədiyim murabbanı alınca, buradan gedirəm, Allahım ki, tanıdığım adamdır. Hə, indi təqəllüb eləyirlər. Arı, balı, məsələn, gətirirlər, şəkər qoyurlar. Şəkəri satırlar bizə bal adını. Tamam. Amma onu ki, bilirik ki, lağət karxana eləməyib bunu. Yəni, qəndi əridib, şəkəri əridib, içinə limu vurub, ya filan şey vurub, bunu bal bəzədib bizə satmayıblar. Bilirik ki, məsələn, bunu filan xanım, filan ağa, filan kətdə kəndi saxlayıbdı, kəndi qoyubdu, 50 dənə, 100 dənə var idi, 10 dənə var idi, 5 dənə var idi, qoyub ora, şəkər də qoyubdu, arı bunu alır, ağzında bunu çevirir balla, tamam, şəkərdir, gül məzəsi verməyəcək, gülün faydaları olmayacaq, şəkərdir, amma yenə də bu bala çöndüyü məsnəvi bal deyil, yəni bunu şəkəri əridib, bal eləməyiblər. Mütəvəccəsiz nə ərz edirəm? Amma yox, biri vaqəən istəyir doğru işləsin, ağa, mən bu balları qoyuram bura. Bu da mənim dürbünü də qoyacağım burada üstünə. 24 saat, ili 24 saat bu internetdə yayılsın canlı, baxın. Şəkər verməyəcəyim. Bunu mən heç internetdə də qoymuram, amma mən bunu kilonu verirəm 1 milyona. Çünki bu baldır, gülgəndir. Gedəcəyim gül əkəm. Dedim, mən burada gül əkmişəm, burada bəlkə indi 100 min dənə burada gül bitəcəkdir. Məsələn, bu cür bir işi görsək, 10 kilo toxum alsaq, gül toxumu, aparıb filan zəmiyə səpsaq. Filan zəmiyə səpsaq. Bir dənə zəmimiz var. Məsələn, mən Kələndə olsam, mənim indi dədəmin orada, dədəmin, əmilərimin, dayılarımın yerləri var. Düzdür, dayılarım qoymazlar o yerə, qıçımı sındırarlar. Amma məsələn, dədəmin yerlərində ki, heç bir şey deyə bilməz ki. Amma mən o vətənə gəlsəm, o zəmilərin hamısına gül əkərəm. 10 kilo gül toxumu ora sərsən, o dağlara. O dağların hamısı gül olar. Arıları ötürü qoy yesin. Gətirsin, doldursunur. Deyilən, mən dava satıram, bal satıram. Kilo 1 milyona satıram, amma bal satıram. Dava satıram. Şəkər yeməyibdir. O gülləri dava. Adamlar gedirlər, qazırlar, yerdə 4 dənə gül bitibdir. Onu da qazır, zoğun çıxadır, mən aparırım sizdən pul qazanım. Axı dostum, bundan pul olmaz ki. Bu olar nəhayətdə sənə 100 min, 200 min, 1 milyon sənə pul versin. Onu əkəcəksən. Onu gətirəcəksən, əkəcəksən. Biləcəksən ki, mən gələn illəri burada 1 hektar əkmişəm. Buradan 200 milyon, 1 milyard pul götürəcək. Amma zəhmətini çəkəcəksən, yəni zəhmət çəkəcəksən. Hə, sən zəhmət çəkmirsən, deyirsən ki, məsələn, dağda 4 dənə şey bitibdir. Göbələk. Adam gedir 4 dənə göbələyi özü yemir, gətirir, satır. O da çox böyük işdir. Zəhmət çəkir, yığır, gətirir, sağ olsun. Amma özü yemir axı. Mən dediyim nədir? 1
kilo göbələyi qoysaz bu boş qabın üstünə, boş qab türkü sözdür da. Bilirsiniz, boş qab düzdür. Bu boş qab çəvirsəz ağzı üstə qoysaz, yəni o çətiri var ha, çətirin bir eşiyi var ki, bəhdir, qabıqdır, soyursunuz. Bir də içərisi var ki, belə-belədir. Onu belə qoyacaqsınız boş qabın üstünə, gecə sübəcən. Süb görəcəksiniz, orada 100.000 dana toxum var yerdə. O toxumları tökün bir suyun içinə, atın çiyninizi aparın çöldə belə səpin. Sizə şey verəcək, pul verəcək. Lazım da evinizdə deyilir. Tamam, kəndi çevirib qoy buna, qoy bunu insanlar yesinlər, yesinlər. Nə zərəli var axı? İnsanlara deyilin, gələcəksiniz, burada yığacaqsınız. Mən kilonu veririm 50 min tümən, 100 min tümən. Çünki dağdadır, mən əhmişəm, mən yetirmişəm, dağ şeyi yiyəcəksiniz. Dava vurulmayıbdır. Organik. Bax, İslam deyəm ki, vətəni biz eləyəcək vətən. Və vətəni belə işlərlə vətən elərlər. Və biz istirik milli mədrəsə dediyimizdə bu cür bir şeylərdən danışaq. Bu cür bir şeyləri bir-birimizi ölçədək. Bu təcrübələri ölçədək. Mən bəzi şeyləri Kanadada ölçəşmişəm. Orada deyəcəyim ki, bunları gördüm, ölçəşdim. Adamlardan soruşacağım. Çox şeyləri bilmirəm. Vaqiyyət deyim. Biz dünyadan heç zat bilmirik. Bizim gözlərimiz yumuludur. Bizim gözlərimiz yumulu gəlib dünyaya. Yumulu yox, indi də yumulu deyil. Biz heç zat bilmirik ki dünyada. Dünya bir ayrı yoldadır. Adamlar plastiki tökürlər şeyə deyirlər, bu düyüdür. Yox, plastiki o cür olar, dostlar. Plastiki dənə-dənə elərlər, elə düyü kimi görsənlər. Bunu gərək verərlər karxanaya, karxana onu yer plastik. Plastiki şey kimi eləməzlər, yəni buluk eləməzlər. Kərpiş kimi eləməzlər. Biz bu rahatlıqda inanırıq hər şeyə. Ha, xəmirlə təbii ki, girdəkan düzəltmək olar, xəmirlə təbii ki, fıstıq düzəltmək olar. Amma bunların bizə, ona da adında deyil, bu şeydir da, xəmirdir. Yəni, bunun içində deyil, bulan şeylə düzəltmişik. Demir ki, bu təbiidir. Deyil, bunu mən çərxanada bunu mən düzəltmişəm, fıstığa bənzətmişəm, girdəkana bənzətmişəm, amma girdəkan deyil. Bu məsnui girdəkandır. Bunun da adı budur. İçində də bu məvaddı vardır. Çar şeylər satırlar, girdəkan satırlar Kanada. Çar. Çar yəni o ki, çətin sınır, içindən də çıxmır da, buna deyirik çar girdəkan. Kilo $4 satılır. Bəzən çox ucuzlanda, mən dünən İsrail'in getmişdim, şunu gördüm, 100 dirəmin verirlər yarım dolara. Yəni $5 çıxır kilo. Ola biz kar girdəkanımızı yox, belə doğru girdəkanımızı satamırıq. Niyə? Amma indi internet var. İndi internetlə çəkəcəksən ki, bunu qutuya qoyacaqsın təmiz. Dünyaya satacaqsın. Elə öz məntəqəndə satacaqsın. Yəni, bizim çoxlu famililərimiz bal düzəldirlər indi. Orada arıları var. İndi şəkər verirlər, əlbəttə ki, şəkər verirlər. Mən inanmıram ki, biri şəkər vermir. Buna inanmıram. Yəni, belə bir şeyə əslən inanmıram ki, hətta famililərimiz məsələn. Şəkər vermirlər. Şəkər verirlər. Təbii ki, şəkər verirlər. Şəkər verməsinlər. Çünki bizim məsələn bölgədə o qədər gül yoxdur. Mən bunu deyirəm. Amma niyə şəkər verirlər? Çünki bizim məntəqədə o qədər ağac yoxdur ki. O qədər gül yoxdur. O qədər meyvə ağacı yoxdur. Kanada olsa deyərəm, burada məsələn ağac, məsələn adamın bağı 100 hektar bağı var. Alma bağı. Fəqət almadır. 100 hektar şaftalı bağı var. Fəqət şaftalı. Deyirəm, mən bu arının bu bal qərədir, illəti budur, bu ağaçlardan gətiribdir. Bu balı da satıram, sarıdır, bu da bu ağaçlardan alıbdır, bu hulu ağaçlarının balıdır, bu da filan ağac. Beləsi bir şey deyə bilir. Amma biz bunu o bölgədə deyəmirik. Çünki ağaçları aradan aparmışıq, ağac saxlamamışıq. Biz ağac əkmək milləti deyirik. Biz hazırını yiyən millət yox, zəhmət çəkən deyirik. Biz karicər olmaq milləti yox. Biz ayrıları karicər olmaq. Bizə dəstur versinlər. Biz bundan çıxmalıyıq. Biz öz ağamız olmalıyıq. O zaman ki, iqtisadda ağlımız çatdı ki, mən özümü saxlaya biləm, onda millət quracaq. O gün dövlətimiz tikiləcəkdir ki, ağlımız çata ki, mən özgəyə işləməyəm. Biz özümüz işləyəcəyik.
Mən özüm iş törədəcəm. Mən özüm iş... Onda əlin yetişəcək ağzına. Ruznamə-nigarından da himayət edəcəksən, hüquqçundan da, zindanindən də himayət edəcəksən, ordundan da himayət edəcəksən, çirkin olsa çirkindən də himayət edəcəksən, dava dərmanı da verəcəksən. İndi nəyin var, nəyin verəsən? Hər kəsə də deyirsən, milli mədrəsə açırıq, hamı mənə yazır ki, hə, pul verin, iş qoyaq. Yox, biz pul verməyəcəksin, pulumuz yoxdur ki. Biz fəqət örgədəcəyik. Hər şeydə. Hər şeyi ki, başarırıq ya başaranları çağıracaq, deyəcək ki, bunları örgəd. Bunlar bizə örgədin ki, nə cür yaşayaq, nə cür modernləşək, nə cür özümüzü, əhliyarımızı öldürməyək. Bu çox mühümdür. Bayramda 600 nəfər İranda özünü öldürübdü, əhliyarını öldürübdü. Maşını dağıdıbdı. İndi hamısı ölüb gedib, nə faydası? Məsələn deyirəm, biri arvadını çox söyürmüş, öldü getdi. Onu öpənməyəcək, onu iyilənməyəcək, onunla deyib gülənməyəcək. Niyə məsələn özümüzü öldürdük? Niyə məsələn o sürətlə gedirdik ki, bilmədik nə olsun? Niyə yoxum gələndə saxlamadım? Niyə demədim ki, tamam, mən yorulmuşam, mən indi burada saxdan bir saat yatam. Mən yolu görmürəm, gedəmirəm, getmirəm. Ay bala, mən hiss edirəm, mərizəm, sürməsəm yaxşıdır. Getmə, niyə? Axı, sən oğlumu, qızımı görəcəkdin, qucaqlayacaqdın, nəvəvi görəcəkdin, qucaqlayacaqdın. Niyə onu əlindən verdin? Niyə məsələn nəvəsiz qoydun? Nəvən niyə babasız qaldı? Niyə xanımın, niyə uşağın, niyə nənən, niyə dədən ağlar qaldı? Nədən ötürü? Kimə istədi? Nəyi sabit elədi? Məsələn, kim dedi, maşallah, əcəb oğlu, əcəb igid oğlandı, getdi, öldü. Nə olsun? Yəni, məsələn, sən öldün, dünya qərə girmədi ki. Heç kəsə heç süt olmadı. O qız ki deyirdin, ha, o da ərə gedəcək. O oğlan ki deyirdin, o da evlənəcək. Uşaqlar da yekələcəklər. Arvad da ərə gedəcək. Kişi də evlənəcək. Nəyə özümüzün şey edirik? Yəni, biz kimə istirik, nəyi sabit edirik? Biz fəqət bir şey sabit edəmirik. Mən bu vətənin millətiyəm, mənim dilim budur, mənim hakimiyyətim olmalıdır, mənim dövlətim olmalıdır. Mənə deməlidir ki, nə cür qazan, nə cür sat, nə cür rahat yaşa, nə cür xoş yaşa. Və mən xoş yaşamağa çalışacağım. Xoş yaşamaq bu deyil ki, fəqət dünyada İranca məşrub içən yeri yoxdur. Mən Kanadalılar tanırım. Ailəmdə bacım əri Kanadalıdır. Beləsi deyil. Adam qonaq gedəndən gedənə. Məsələn, mən oralara getsəm, abcı içər. Ayrı bir şey içməz. Bir dənə abcı qoyar ora, söhbdən axır, onu məzəllidir. O da, mən 10 livan onun üstə su içmişəm. O hələ o bir dənə livancan şeyi 300 sisidir, neçə sisidir, nə bilim, yarım litrdən də azdır da. Onu süt götürüb əlinə axşamıcan ondan oynur. Deyəndə də maşını sürmə deyir ki, mən bir şey içməmişəm. Bir dənə abcı, süt başlamışam. İndiyəcən işçilər bədənimdə sıfırdır. Çünki 300 cc abcun 5% özü də yuxarı alkol olan 6%. 6%də belə alkol içsəm 300 cc süt götürmüşəm, axşamıcan ondan məşğul olmuş. Bədənimdə bir polis füf elə desə, heç süt yox bədənimdə. Bayaqlar dedim, توسعه tapmış milletin beyni توسعه tapıbdı. Beyin توسعه tapandan sonra teknoloji توسعه tapıbdı. İranda teknoloji var, beyin yoxdur. Yəni maşını hamımız binirik, amma özümüz öldürürük. Bu ona vurur, o buna vurur, bu ona yol vermir, o buna yol vermir. Nə mənə istirik sabit eləyək? Məsələn, nə olsun? Niyə bir-birimizlə müsabiqə veririk? Əzən niyə müsabiqəyə girmişik? Zindicanlıq müsabiqə deyil ki, dostlar. Zindicanlıqda gəlməmişik müsabiqə eləyək. Zindicanlıqda gəlmişik zəcr təcək. Biri bu. Dünya dostlar, dünya qaranlıq dünyadır. Onlar ki, deyirlər, hər gecənin qaranlığın dalısına bir işıq çıxar. Onlar dünyanı bilmirlər. Onlar ki, deyirlər, axirdə nur zülmətə piruz olar. Bunlar dünyanı bilmirlər. Dünya qaranlıqdır. Təsadüfən biz bir yerdə durmuşuq ki, günün işığı dəyir bizə. Onun üçün gecə yerdə fırlanır,
Bəzən gecə günüzə tərəf dönürük, bəzən dönmürük. O zaman ki kölgə tərəfində oluruq, qaranlıqda oluruq. O zaman ki günə tərəf dönürük, işıq olur. Təbiətin gücü bizə əziyyət verməkdir. Əgər orada bir fürsət tapaq, ləzzət aparaq, keyf aparaq, səvinaq, bunu eləyək. Niyə acıların üstünə acımızda birini dolduruq? Nənədən doğanda nənəmiz cırılır, biz çıxırıq eşiyə. Özümüz də ağlaya-ağlaya çıxırıq. Özümüz də kəsirlər, boğarsağımızı, köbəyimizi kəsirlər. Ondan sonra da filan yerimizi kəsirlər. Ondan sonra bəhman yerimizi kəsirlər. Ondan sonra da ducinən bir iki dənə də şapalaqdan zaddan vururlar. Niyə ağlamırsan? Ağla cinən. Ondan sonra da gəlirik evdə. Yemağa da ağlamalıyıq, içmağa da ağlamalıyıq. Ya evimiz yıxılmasın biz. Acılıqda yekələcəyik. Qənimət biləcəyik. Burada, orada bir xanımımızla bir deyəcəyik, güləcəyik. Qənimət biləcəyik. Mən sürətlə müsabiqəyə qoymayacağam ki, bu ləhzələri əldən verəm. Yavaş. Mən maşın sürürəm, görürsə adam gəlib barmağın, orta barmağını göstərir mənə. Deyirəm, get oğul. Allah rast getsin, get sağ get inşallah. Ondan müsabiqə qoymayacağam. Yox, sən niyə mən keçdim, mən də sən gərək getsən. Yox, nə olubdur? Məsələn, o getsə, ölsə, mən də gərək edəm öləm. Yox. Təsəvvür tapmış məmləkətlərdə bunlara fikir verirlər. Kanadada ölənlərin çoxu hindlidir, İranlıdır, Rusdur. Təsadüf ölənlərin çoxu. Çox az adam ölür. İldə 200 nəfər, 300 nəfərdən çox ölmür. Amma onların da çoxu hindlidir. Niyə? Çünki gecə saat 11-dən sonraki polis zatda təqribən yığışır. Bunlar çıxırlar şəhərdə müsabiqə qoyurlar. Oğrular mühacirlərdirlər, taza gələnlərdir. Oğrular. Hər cürə oğruda, bunlar içində hər cürə. Məvadlı müxəddir satanlar normalda taza gələnlərdirlər, iş tapanmırlar, filan eləyənmirlər, gedirlər məvadlı müxəddirə tərəf, qaçağa tərəf, yəni məvadlı müxəddir qaçağına tərəf. İranın özünün bir mafiyası var idi, bir neçə il bundan qabaqcan polislə savaşırdı. Çox daimi savaşları var idi. 2006-da qoya onları yığıblar. Amma indi yenə də güclü mafiyalar var, məvadlı müxəddir mafiyaları. Çox əcib məvadlı müxəddir gətirirlər İrandan. Tutulurlar. Əxlaqları pis, rəftarları pis, bir-birləri ilə düşməndirlər. Mən özüm şəxsən İranlardan qaçıram. Mən özümü deyim. Mən İranlı cəmaətinə görüşmərəm. Bir zaman görüşərdim. Taza gəlmişdim bura. Görüşürdüm. Yavaş-yavaş kullən, onlar da mənimlə görüşmədən də onlarla görüşmədi. Xəttlər ayrıldı. Mənim indi çox məhdud türk dostlarım var. Çox məhdud, çox az, bəlli bir çevrəm var, türk dostlarım var. Amma burada dediyim kimi, o development olmuş, təsəvvür tapmış millətlərin rəftarını ölçəşəcək. Nə cür davranırlar, davranışlarını ölçəşəcək. Ondan sonra teknoloji bizim dərdimizə deyər. Teknoloji, Kanadanın teknolojisi dallı teknolojidir. Bayaq dedim, qətarı Cəngi Cəhaninin qətarıdır. Maşınlarına taza bir nəfər dostumuz Türkiyədən gəlibdir. Otobusuna minir, deyir, siz bunlara necə minirsiniz? Niyə minirsiniz? Niyə dövlətiniz bura bir şey eləmir? Türkiyədə belə olsa millətdökləri dövləti yıxar. Xeyr, burada deyir ki, bu mənim əlimdə olan imkanımdır, bunu istifadə edəcəm. Orada mən dünyadan sərvət qazanacağım. Nəinki sərvətimi mən xərcləyəcəm dünyaya. Baxın, bu mühümdür. Yəni, biz sərvət qazanacağıq. Mən bir nəfərlə danışırdım, deyirdi ki, nə yapıb elə, məsələn, qazanmağa çalışırsan, ay xəşləməyim, ay filan eləyim, sən öləcəksən, bunu uşaqların yiyəcək da. Dedim, biz nəyə işləyirik axı? Biz işləyirik ki, uşaqlarımızı yesinlər da. Biz işləyirik ki, uşaqlarımız rahat olsunlar da. Baxın, dostlar, sərmayədarlar ki var dünyada. Bunların heç birisi vəqfə verməyib pulları. Bu, Moğlaların fikrini ötürü, bu qədim fikir idi. Moğlaların saniyəsi, indi məsələn Oqafın rəisləri, Oqafın, indi Xorasan Oqaf olsun, hangi Oqaf olsun, saniyəsi milyarda tümənə düşür. Saniyəsi milyard tümənə düşür. Hər 4 metrdən biri ya 5 metrdən biri
Yox, 4 metrdən biri. Hər 4 metrdən 1 metri ovqafındır İranda. Görün nə böyüklükdə. Görün nə əzəmətdə sərmayə gedib yığışıb onların əlinə. Amerikada da ki deyirlər, indi onu da yenə deyim, bunu qeydim Kanadaya. Bu Amerikanın sərmayədarları da pullarını ona buna xərcləməyiblər. Hə, filan kəsin tamam insanların sərvəticən bu Bill Gates, nə də onun pulu var. Tamam insanların hamısının sərvəticən, bahların sərvəticən onun pulu var. Amma pulu töymür ki o yüzden yaymır beləsi. Deyir ki, mən bu pulu nəslimə verəcəyəm, uşaqlarıma. Uşaqlarım da mənim kimi dünyanı yönətsinlər. Dünyanı idarə eləsinlər. Erdoğan cənabları, bunu ki bu adam gələ orada şeyliyə, özü buna dəvətnamə göndərib, özü gedib yalvarıbdır ki, adam deyir, gəlmirəm, sən kimsən, mən kiməm? Mən sənin dövlətin, kulli Türkiyəni bir çəkinən Allah. Biz o vaxt deyirik ki, pul çəkib, necə ki pul kəfi dəstəs. Kim bunu deyibdir bizə? Niyə bunu bizə öyrədiblər? Hazreti Məhəmməd peyğəmbərlik edib Xədicənin pulu ilə. Xədicənin pulu olmasaydı Hazreti Məhəmmədə heç kəs bir qrana almazdı. Hazreti Xədicə Allahın rəhmətinə gedəndən sonra Məhəmməd o zaman köçmüşdü şeyə. Yəni, daha ondan sonra tanınmışdı. Pulsuz adam, pulsuz millət, kasıb millət tanınmaz. Biz niyə müstəmiriq? Çünki pulsuzluq kasıb. Bizim niyə ərteşimiz yoxdur, silahımız yoxdur, çünki kasıb. Çünki beynimiz kasıbdır. Bilmirik dünya ilə nə cür al veririk. Nə cür gedək, yaxşı, bizə də silah verir. Bizə də pul verin, bizə də imkan verin, bizə də dövlət yaratmaq imkanı verin, fürsəti verin. Çünki beynimiz kasıbdır. Çünki özümüzü belə saxlayır. Biz karicər, karicər özgə işlə. Filan kəs karxana qoysun, mən gedim ona işləyim. Gedim Tehranda o bu çağırsın işə, mən gedim işləyim. Gedim Kərətdə o bu çağırsın işə, mən gedim Şirazda, İsfahanda, Gəzdə, Karşanda, Simranda, orada burada işləyim. Demir ki, mən özüm iş yaradım. Mən iş yaradım, 4 nəfər də işləsin. Mən gedirəm filan kəndə millət köçübdür. Təbriz, Tehran arası gedin bir. Kətlərə baxın, kətlərin %90'ı köçüb gedibdir, adam yoxdur. Cidden bu kəndin yeri, baxın bir işləri dedim, tanıtdıracaq bir. Amma gedin deyin, bu kəndin kimdir? Yerizi satın mənə. Yerizi 5 ilə pulun qeytərirəm. Gedi oradan bir 50 hektar yer al. Deyirəm, mən bura filan meyvə ağac əkirəm. Əsən ağac əkirəm, satam. 10 cürə burada hər hektarda bir cür ağac əkəcəyəm. Bu ağac, mən fəqət ağac satacağım. Mən fəqət gül satacağım. Gül. Ağa bu güllər ki alırlar, ruzə madər, ruzə zən, ruzə eşraq, ruzə filan bəhman deyə bizə boynumuza soxublar. Ruzə müəllim, ruzə tacir, ruzə danışçı, ruzə mühəndis, ruzə döktür, ruzə pərəstar, ruzə filan. Bunların hamısı gül istir. Gül, gül. Gülxana düzəldik, gül sataqlar. Biz niyə ağır işə giririk? 10 nəfər də işlədik. Belə 10 nəfər öz adamlarımızdan, dostlarımızdan, tanışlarımızdan işləyəcək burada. Hamımız mənə işləyəcək, sizə bir belə hüquq verəcəm, amma ürək döndürəcəksiniz, belə işləyəcəksiniz. Hər kəs də işi düz işləməsə atacağım işi. Yəni, ciddi olaq, ciddi işə girək. Vətəni bunlar qurda bilərlər. Vətəni qorxaqlar, risk eləyəmənlər, vətən dövlət quramazdır. Hüquq bəşərlə dövlət qurmaq olmaz. Demokrasi ilə dövlət qurmaq olmaz. Demokrasi bizə deyil. O millətə ki, beyni gəlişibdir. Qacar dövründə demokrasi gəldi, Ruznamədə götürdü, şahın nənəsini yazır, şahın nənəsi filankarədir. Sonra düşdü bazara, getdi, dedi ki, hər kəs bunu imzalaması filandır. Zinazadədir. Fəqət zinazadə olmayanlar bunu imzalarlar ki, şahın nənəsi filankarədir. Yəni, biz demokrasidən anlayışımız indi də budur. İndi 4 dana məqalə yazırsan, hamı söyüş verir. Deyirsən ki, İran dediğin məmləkət hələ 89-ci ilə keçir. 89-ci ildən. Yəni, bunun hələ 90 yaşı yoxdur bu İrana. Necə ki, bunun 2000, 3000, 5000 sabıqəsi var. Əslən, Azərbaycan dediğin şey, bu İran dediğin məmləkətin 10 bərabəri qatı, böyüklükdə yerin sahibidir. Azərbaycan tarixdə keçən 89 ildə
İranın bir parçası olubdur. Ondan qabaq tamam tarixdə Azərbaycandır ki, bura hakim olubdur. Türklər ki, bura hakim olubdur. Bunu belə istərsə, bunu deyirik adamlar oturur, söyüş verir. Adam, bu cür adamla siz demokrasidən nə cür danışarsan? Sən hüquqdan nə cür danışarsan? Hüquq bəşərdən nə cür danışarsan? Qanundan nə cür danışarsan? Əxlaqdan, fəlsəfədən. Bunlar din, bunların hamısı söyüşdür. Özünü idarə edəcəksən, məlkəti idarə edəcəksən. Özgüvən hardan gələr? O zaman ki, özünü idarə edə biləsən. O zaman ki, sən də baxırsan, onun bunun əlinə, ağzına ki, sənə bir şey çağırsın, işə sənə bir pul versin, yaşayırsan, sən özün ayaq üstü durulmasan ki. O millət ayaq üstə durar, istiqlal olar ki, əvvəl özü ayaq üstündə dura bilər. Özünü idarə edir, sonra da deyə, tamam, mən indi həm özümü idarə elədim, həm də eləyə bilirəm ki, 4 nəfərə də pul verəm, deyəm ki, işləyim, gedin, savaşın. Pulu məndən savaşmaq istəyir. Təbii ki, belə olar. Təbii ki, belə olar. Yoxsa Təbrizin şəhər şurasının rəisi durar gələr, bimaristan düzəldər, kütləri oradan gətirir, qoyar bura. Çünki Tehranın bərnaməsidir. Sən də deyə bilməzsən, deyədir, ya sərmayəmi götürüb ayrı yerə qoysam, neynərsən? Özüm ki, sərmayə istəmirən düzələr. Gəlim özümüz, sərmayə kiçik-kiçik düzələr. Sərmayə damcı-damcı toplar, olar göl. Mən bilmirəm, sizlər kənd uşağısınız yox, amma mən kənd uşağıyım. Bizim evimiz damcılardır. Kasanı, qablamanı qoyardılar damcıların arasına. Görərdin, damcılayıb dolubdur çıxa. Amma özünə işləyəcəksən də özünə işləyəcəksən. Get, torpaqdan minnətsiz bir şey yoxdur. Sənə minnət qoymur, hər şeyi də verir. Özdəki mərəsizlik tutmursan axı. İranın sözünə baxmayın, suyu kətdilər işlədirlər. Kolli o suyu ki, Azərbaycanın kətdiləri, bağlara, zəmilərə işlədirlər, İsfahanın bir karxanası can deyil. Dəmir karxanalarının biri can deyil. Yaxşı, biz yemağımızı da özümüz ürətməyəcəyik. Nə mənə ürətəcəyik ki, bəs biz özümüz yaşayaq burada. İndi bir dənə də deyim, qutaraq. Çünki çox oldu. Mən fikrim 3 saatı keçdi. Görmürəm nə vaxtda ona görə. Dostlar, mən bu bəzən eşidirdim ki, Türkiyə seriallarında, dizilərində eşidirdim, deyirdi ki, qılınc payı, qılınc haqqı. Yəni ki, savaşmışıq, bir torpağı almışıq, bu mənimdir. Bu mənim qılınc haqqımdır. Yəni, savaşmışam, qan vermişəm, qan tökmüşəm. Bura mənimdir. Mən deyirdim, bəlkə, bu öz-özümə fikirləşim, deyim, ola, nə zalim imişik biz. Getmişik, adamı öldürmüşük. Yerini almışıq. Deyirik ki, bu yer mənimdir, çünki mən onu öldürə bilmişəm. Və deyirdim, bu Avropalılar nə cür yaxçıdır. Nə qədər yaxçıdırlar, nə qədər demokratdırlar filan. Kanadada qaçmışıq, biz pənahəndə olmuşuq, bura bizə yer veriblər, bizi saxlayırlar filan, bəhman. Hətta bəzən əvvəllərdə də bir il, məsələn, bilir ki, iş tapa bilmirəm filan, bəhman, ayda bir pul da verir ki, yecinən, diri qalcinən filan, bəhman. Sonra yavaş-yavaş gördüm ki, Kanada böyüklükdə məmləkət, ki, təyyara bu başdan o başa 8 saata gedir, 7 saata gedir. Bu böyüklükdə məmləkəti İngilislilər 4 dənə gəmi ilə gəliblər. Burada yaşayan adamları bir-bir öldürüblər. Uşaqlarına, oğlan uşaqlarına belə təcavüz ediblər. İndi mədrəsələr tapılıb ki, mədrəsənin həyətində ki, bunları dədələrini öldürmüşdülər, arvadlarına təcavüz eləmişdilər, uşaqları aparmışdılar mədrəsələrdə, bunların dinin dəyişdirirdilər. Nənədən, dədədən almışlar, aparmışlar, mədrəsədə saxlardılar. Kilisada saxlardılar. Bunları döyürmüşlər, orada öldürmüşlər, həyətdə, mədrəsənin həyətində quyurmuşlar. İndi bunlar tapılıb. O günləri baxırdım ki, gördüm, Kanada dövlətinin torpağı kimindir? Bu şaxta məmləkətin torpağı kimindir?
12 dənə dövlət var. 89%, %11'i millətindir. Şirkətlərin, millətin filanı. 89% mələkənindir. Qılınc haqqı. Deyir qılınc haqqı. Adam öldürmüşüm, almışam. Bu mənimdir. Millətin də deyə ha. Baxın, türklərdə demir. Türklərdə o yerlərin sahibi, Türkiyənin bugünkü sahibi, ya Güney Azərbaycanın sahibi dövlət deyil. Siz mənim. Kanadada dağa gedənmirsən. Çölə gedənmirsən. Meşəyə gedənmirsən. Çünki deyir, meşə mələkənin, sən ora girmək, ora onun mələkənin mülküdür. Niyə girmirsən? Səni nişəhmını öldürə bilər. Səni zindana verərlər, çünki ora getmirsən. Ora mələkənin mülküdür, sənin mülküdür. Yazıbdır ki, private property. Private property. Yəni, bu umumi deyil. Bunun sahibi var. Sən deyir, sorursan sahibi kimdir? Deyir, dövlət. Dövlət kimdir? Deyir, mələkədir. Mələkə dövlətin də oğludur. Diqqət buyurursunuz. Yəni, hər 100 metrdən 89 metr mələkənin də 11 metr Kanadada yaşayanlarındır. Onu da bu şərtinə satıbdır. İndi mən məsələn fərz eləşir, dururam, gedirəm çöldə, deyirəm, 10 hektar yer almışam. Bir nəfərin yeri var, onu satır mənə. Dövlətinci yox, mələkənin yox. Bir nəfər satır mənə. Onun qəbaləsində yazıbdır ki, bu yerin altında, üstündə bir şey tapılsa, onun %51'i mələkənindir, %49'u sənindir. Yəni, məsələn, yeri qazanda gördük, dinosaur sümüyü var. Kəmikləri var. Deyir, bu kəmikləri çıxadanda, dövlət gəlir, deyir ki, bunun məsələn qiyməti 100 milyondur. Bunun 51 milyonu mənimdir, 49 milyonu sənin. O 49 milyondan maliyyət verəcəksin. %13, orada yenə maliyyət alacaq. İstimar belədir. Və türklərin mən nə qədər indi, bu son zamanlarda nə qədər oxuyuram, indi bir dənə kitab download eləmişəm, onu oxuyuram, ingiliscədir, gündə 10 səfər, 5 səfər beləsi oxuyuram, bəzən də yadımdan çıxır, oxumuram. Baxamıram, imkanım yoxdur, baxam görsədəm o kitabın adın. Nə cür buranı kolonize eləyiblər? Nə cür müstəmir eləyiblər? Adamları nə cür öldürüblər? Nə cür şikəncə eləyiblər? İndi də var, burada adamlar gedirlər şikara, Kanadada. Ceyran şikarı var. Bəzi heyvanların şikarı var deyil. İldə bir neçə gün bunlara icazə verirlər, gedin heyvan var. Bir az pul verirsən, gedirsən, balıq tutmaqdır, bir şeylərdir. Onda fəsli var. Məsələn, balıq 12 dolar ya 20 dolar verirsən internetindən, bir sənə şey verir, təsdiq verirlər, balıq tutmaq təsdiq. Onu alırsan, gedirsən, balıq tutmaq haqqın var. Gedirsən, fikirəm də hər dəfə gedəndə bir dənə, 2 dənə tuta bilərsən, çox tutanmazsan. Balıqların da hər balığı tutanmazsan. Bəzi balıqları tutdun, gələ ötürəsən. Çünki orada əgər məmur gəlsə, görsə ki, onu tutmusan, məsələn, ağır, məsələn, 4000, 5000 dolar, məsələn, cəriməsi var. Hətta eşitdim, bir dənə gül var. Bu, mən olduğum dövlətin armıdır. Mən onu istirdim, alam gətirəm həyətdəki. Yəni, dedim, burada oturmuşuq. Qəşək gözəl güldür. Bir lalə kimi bir şeydir. Onu alam gətirəm burada. Şəm gəlinim dedi, alma ha, onu alma, gətirmə. Dedim, niyə? Dedi, bir dənə onu ayaqlarsan. Bir dənə onu qırarsan. Onun zindanı var. Onu ayaqlasan, onu qırsan, sən zindanı var. Sən onu eləyə bilməzsən. O oldu, ora girənməsin. Ora bir şey, ora sənin hakimiyyətindən çıxdı. Ora o gülün hakimiyyəti, o gülün də hakimiyyəti dövlətdir. Yəni, dövlət hətta, məsələn, ondan çox əhsən, gəlib sənə o mülküvə sahib çıxar. Ki, orada bu gül var, sən ora girənməzsən mənim icazəm, bəs ora sən bütün pul da verməzsən. Deyəsən ki, mənə pul verəcək, deyəcək ki, içini ayrı yerdən al, belə bir şey yoxdur. Bizim vətənimizdə belə bir şey yoxdur. Biz vətənimizin sahibi yox. Biz Azərbaycanda mülkümüzlə hər nə inəsək elərik. Və mülk bizimdir. Altından da bir şey çıxsa, Gəncədən plandan da çıxsa,
Ya dövlətlə təvafüqə yetişərik, ya da qaçaq elərik. Əlbəttə qanunlara görə belə də İran dövləti qanun qoyubdu, bunu bizim əlimizdən alıbdı. Bunu bizim Türk dövlətində belə bir şey yox idi. Qacar dövlətində belə bir şey yox idi. Qacar dövləti heç kəsin yeri, mülkü ilə işi yox idi. Adamlar gedirdilər, hər yerdən də tapsaydılar, özləri eləyirdi. Və məmləkətdə ki, azadlıq olsa, azadlıq. Sən bir şey tapsan, aparıb öz bazarında satarsan, qaçaq eləməzsən. Qaçaq olmasa, hər şey sənə öz mülkündən nə tapdı, onu aparar, öz bazarında satar. Amma biz indi müstəmir yox. Onun üçün amma Kanadada ucuz deyil, Amerikada ucuz deyil. Yer sahibi deyilsən. Sən müstəcisən. Bu ağır pula satır, ağır pul. Baxın, bir dana da deyim, qutarım. Kanadada mən olan iyalətdə neçə iyalət varsa, onu dedim bayaqla, 12 iyalət, 12 məmləkət var, 12 dövlət var, 13 məclis var, 13 dövlət var. 12 məmləkət var, 13 dövlət. 12 məmləkət var, 13 parlament. 12 məmləkət var, 13 dövlət. 13 ərtəş, 13 polis. 13 qanun. Bir dana böyük qanun var, hamısı onun içinə girir. Ondan sonra da hər məmləkətin özünə görə bir qanun var. Bayaq da misal verdim ki, məsələn, mən təsadüf eləmişəm, bilməm, orada bu cür idi, burada bu cür. Biz mən zehnimdən çıxdım, təsadüf eləyədən bizə bir şey gəlibdir. Bəzən fikrimlə orada yadımdan çıxır ki, nə deyildi. Amerikada, Kanadada siz mülk sahibi değilsiniz əslində. Ha, bunu deyirdim. Bu məmləkətlərin içində Quebec ucuzdur. Fransa dilli olan torpağı ucuzdur. Torpaq almaq, yer almaq, ev almaq ucuzdur. Elə orada da 15 dolara saatı işləyirlər, 15 dolara 25. Burada da 15 dolara 25 saatı. Ya aşağısı budur. Amma orada ev almaq buradan ucuzdur. Maliyyət orada buradan ucuzdur. Məsələn, burada bir tane ev alsaz, 1000 metrik bir həyət alsaz, yer alsaz, alırsınız məsələn 1 milyon, 500 mindən yuxarı, 600, 700, uzaqlarda 500-600, şəhərdə məsələn o cür bir şey 2 milyon, 3 milyon dolardır. Həmalı ki, siz Quebecdə alsaz, alırız məsələn 300 minə, 200 minə, 500 minə. Niyə belədir? Çünki bura İngilislərin əlindədir, ora Fransəlilərin əlindədir. Fransəlilər daha insaflıdır. Daha az sağırlar insanları. İngilislər daha çox insanı soyurlar. Dərisini soyurlar. Ətin də üstündə, yağın da üstündə soyurlar. Yəni əvvəl dərini soymurlar. O əti də kəsirlər üstündə. Nə qədər qalin götürsələr, belə götürürlər. Bu fərq istədim deyəm ki, məsələn, indi siz bir dənə apartman, ya bir dənə zəmini, ya burada alın, ya Amerikada. Amerikada məsələn alsaz, Amerikada bir dənə 1000 metr yeri, yer, 1 hektar deyək, 1000 metr deməyək. 1 hektar yeri məsələn alarsınız 60.000 dolara, Kanadada alarsınız məsələn 400.000 dolara, 500.000 dolara, 1 milyon dolara, 2 milyon dolara. Qalıbdı o şeyinə. Amma Amerikada niyə bu cürdür? Çünki burada İngilislərin sümürcəsi altında biz. Heç kəs bunu bilmir. Hamı deyir ki, məsələn şeydir. Yox. Bunu yaşayandan sonra fərqləri qoyanda görürsən ki, o sümürcə olmağın nə qədər fərqi var. Azərbaycan əksinə ucuzdur. Siz gedin Tehrandan, Kərətdən, Simnandan, Qəzvidən, Qumdan, Kaşandan, İşvandan, Şirazdan yer alın. Çox baha. Çox baha. Amma siz ucuz. Siz ötürürsünüz, kəndinizi, yerinizi ötürürsünüz, gedirsiniz. Kanadada gedirlər kəndə. Çünki ucuz, biraz ucuz olduğu üçün hamı gedir ora. İranda tərsədir. Hamı gedir ora. Çünki niyə? Dedim, zehniyyət karicər, bağlılıq. Bağlılıq, müstəmrəlikdir. Məni gərək biri işlədə. Baxın, sümürgəçilik, yəni bu da. Deyirsən ki, məni biri gərək işlədə. Mən iş olmasa, iş verməsə, lajıq alma. O halda ki, iş özündədir, öz vətən, torpaq vətənində. Pul vermirsə, bax, Tehrandan evi sat, yeri sat, gəl kəndivə. Görəcəksən ki, ondan yekə ev düzəltdin, ondan yaxşı ev düzəltdin, ondan yaxşı imkanlı oldu. Ondan sonra, nə deyərlər, iş qurdun özünə, ailən işlədi, sərvətləndi. Amma bu sənin beyin şeydən çıxar. Sümürcəlikdən çıxar. Başararsan ki, mən neyim yazaq, nə istəyirəm.
Əvəzin ki, gözünü Farsa tikəsən, Türk dünyasına tikəsən. Heç olmasa. Dünyaya tikəmirsən gözünü. Türk dilini öyrəşəcəksən, Türk əlifbasını öyrəşəcəksən, türkçə yazmağı, oxumağı öyrəşəcəksən, Türk dünyası ilə danışacaqsan. Türkiyə ilə danışacaqsan, Azərbaycanla danışacaqsan, Türkmenistanla danışacaqsan, Qırğızistanla danışacaqsan, Tataristanla danışacaqsan, Üzbəkistan. Of! 300 milyon insana cins sata bilərsən, Türk dili fəqət bilsən. Amma tüm müstəmiri yox. Məncə Fars dili biləm. Farsa işləyəm, Fars mənə İş versə işləyəcəm, iş verməsə işləməyəcəm. Qalacağım onun şəhərində hər şeydə baha. Torpaq baha, ev baha, icarə baha, kirayə baha, maşın baha, yemək baha, iş baha, gəlmək baha, getmək baha. Hər şey baha. Həm də ki, mərzləyəcəm. Bilmirəm, bu şey ki, düzəldiblər, veriblər mənə. Bu murabbası, bu balı, bu turşusu, bu düyüsü, bu mərcisi, bunlar doğrudular ya yox, bunlar hansı zəhərlidirlər. Qəzalar ki alıram, bunlar yağları doğrudur, yağ doğru yağ alıram, ət doğru yağ alıram. Bilmirəm ki, nə mənə verirlər mənə. İçinə, indi də gəliblər toyuğun, ətin içinə şey vururlar, dava vururlar. Bilmirəm, sudur, zəhərdir, nə mənədir vururlar və onu biz yeyirik. Sabah da deyirik ki, niyə filanca sərətan tutdu, niyə bəhmanca sərətan tutdu. Tamamdır, budur olur da. Müstəmrə millətin başına hər şey gəlir. Biz bu müstəmrədən çıxmaq üçün dostlar, son söz, biz bu müstəmrədən çıxmaq üçün mənim şəxsi təklifim buyurdu, illərdir üstündə işləyirdim. Dostlar bu son zamanda qoydular mənim öz öhdəmə ki, gəlin bir dənə sistem yaradın, orada dərs deyilsin millətimizə. Dostlarımızın çox güclü budur ki, tarix deyilsin, dil deyilsin, yazmaq, oxumaq deyilsin, ayrı dərslər deyilsin, ideoloji deyilsin falan. Mənim nəzərimsə fərqlidir. Mən mötəqidəm, millət mali istiqlal tapmasa, öz ayaq üstə dura bilməsə, istiqlalçı ola bilməz. İstiqlalçılıq dilənçiliğinə yol gəlməz. İstiqlal istəyən adam gərək öz ayaq üstə dura bilər. Onun üçün mən deyirəm ki, bu mədrəsəni başlayaq, sizləri təbliğ eləyin. Əvvəl harda açaq bu mədrəsəni? Yəni, məsələn, YouTube-da açaq, Instagram-da açaq, TikTok-da açaq, Instagram-da açaq. Bir yol, neçə nəfər ilə başlayaq? Dostlarınızı çağırın, gəlsin, buraya yığışsınlar. Məsələn, bunun bir milyon üzvü olsun. Biz eləyə bilək, iddia eləyək ki, milli mədrəsə. Bu milli mədrəsədə gələk başlayaq, bu işlərdən danışaq. Əvvəl işlərdən başlayaq. Həftədə bir gün, 2 gün işləri deyək, bir gün, 2 gün fəlsəfədən danışaq, ideolojidən danışaq, tarixdən danışaq, mütəxəssisləri gətirək danışsınlar. Bunlar yayılsın. Biz milli mədrəsəmizi özümüz quraq. Lazım deyil bunu duruşaq fizikal mədrəsəyə. Lazım deyil uşaqlarımız hətmən gedələr, buradan durarlar, gedələr, müəllimin oturarlar kilasında, o müəllim də söyüş savaşla, farsı ilə bizi şey edir. Biz eləyə bilirik ki, onlayn mədrəsələrdə dünyada yayılıbdır. Çox xülasə, çox sürət ilə hər şeyi öyrəşək və başlayaq işə. Tamam? Bu haqda sizdə köməklik istəyirəm. Fikir verin. Fikriniz var, fikrinizi verin ki, məsələn, filan işi öyrədək. Mən filan işi başarırım. Gəl o işi öyrət. Yəni, dostlarınıza deyin, hər kəs başarırsa biz əlimizi açıq. Baxın, toxunma başarırsan. Dərzilik, xəyyatlıq başarırsan. Xəyyatlıq ərəbdir, türkçəsi dərzilikdir. Dərzilik başarırsan. Qaş düzəltmək başarırsan. Təto başarırsan. Səlmanilik başarırsan. Hər nə mənə. Təzriqat, iynə vurmaq başarırsan. Nə bilim oxu? Dəstgah düzəltmək başarırsan. Biz məsələn nə cür eləyək ki, insanlar özləri kətdə öz bərqin özü tolin edəsin, pul verməsin dövlətə. Niyə məsələn bunu özümüz eləməyək? Məsələn, bir cür ocaq düzəldək, bunu tamam sataq orada, kətdilər. Qaz istəməyək. Məsələn, özümüz orada şey eləyək. Məsələn, bunu hindilər eləyiblər də mal təzəyi ilə tökürlər bir şeyə, oradan qaz çıxır, oradan qəzalarını zaten ondan bişirirlər, evlərini ondan qızışdırırlar və pul da vermirlər dövlətə. Niyə məsələn biz bunlara getməyək? Yəni, bunlar bir texnoloji, çox sadə texnolojilərlə, məsələn, bir nəfər, 2 nəfər, 10 nəfər, 50 nəfər bu işi elər. Məsələn, bu ocağı düzəldər, bunu satar. Çox adamlar idi qazının pulunu verənmir, şəhərdə belə. Bunlara biz yol öyrədək. Ki, nə cür, məsələn,
nə bilim, deyirlər, hidrojeni sudan çəkirlər, qaza təbdil edirlər, yandırırlar. Niyə məsələn bunları öyrətməyək? Bu texnolojini aparaq, çevirək, məhəlləyək, bunu biz sataq. Bu İran deyən məmləkətdə, heç dedim, Türk dünyasında, Avropada, Amerikada da biz bunu sataq. Tamam? Bu yolda sizin köməklik istəyəcək yox. İstiruq. Əgər bir iş başarırsınız, əlinizdən bir iş gəlir, onu bizə öyrətmək istəyirsiniz, millətimizə öyrətmək istəyirsiniz. Öyrədin. Yəni bu təşrifdir, bu vəzifədir. Milli vəzifəmiz dostlar, birinin əlindən gələr. Qazetəçi olar, birini televizyon açar, biri radio açar, biri fabrika açar, biri də bunu öyrədər. Hər kəsin əlindən nə gəlir? Vəzifəmiz bu gün odur. Onu bir-birimizə öyrədək. Millətimiz öz ayağına durduqca özünə inanacaq. Mali, pulu çox olduqca özü güclənəcək. Pulu çoxduqca deyəcək ki, niyə biz müsəlləhanə savaşmırıq? Niyə biz İran dövləti ilə savaşmırıq? Desən, niyə deyəcək ki, pulum məndə var? 2 dana tüfəngin pulum mən verirəm. 100 dana güllənin pulum mən verirəm. Filan adam ailəsinin pulun zindana düşsə, pulum mən verirəm, xərcim mən verirəm. Amma kasıb olsun necə? Bunun üçün gəlin əl-ələ verək. Milli mədrəsəmizi quraq. Online. Çoxlu adamlarımızı dəvət edək bu mədrəsəyə. Milli mədrəsə adını qoyaq. Mən adını belə qoymuşam. Milli mədrəsələrə, dilsizlərə, işsizlərə. Şuarım budur. Dilsizlərə, işsizlərə milli mədrəsə. Bu şuarla gəlin biz şeyimizi quraq, millətimizə köməklik edək, bir-birimizə vətənimizi tikiyək və bu gündən başlayaq. Sabahlar bu göyərtini ki, göyərtmişsiniz, bu günləri sabahlar aparır əkin. Damızın üstündə əkin. Nağdan düzəldin, taxtadan, dəmirdən, hər nə ilə bir şey düzəldin, plastiklə, naylon plastiki belə tökün, belə qoyun, naylon plastiki. Belə qoyun yerə, üstündə torpaq tökün, o tərəfin kərpicin, bir dana kərpicin tərəfinə, bir tərəfinə, arasını qənuq kimi eləyin, torpaq tökün orada bunlar əkin. Lazım damızın üstündə belə, damızın üstündə. Lazımdır deyil, çox su verəsiniz. Gecədən gecəyə ona bir dəfə, həftədə 2 dəfə, bəzi gün ayda bir dəfə su verir. Oradan vətən sulansın, göyərsin. Bir nehzət yaradaq. Vətənə qayıtmaq, vətənə borcumuz nehzədir. Vətənə birinci borcumuz göyərləndirməkdir. Ağacın çoxaltmaqdır, gülün çoxaltmaqdır. Eyni halda özümüzə sərmayə. Dedim, bunu satırıq, bunun nə cür gətirək bunu yayaq? Nə cür bundan meyvə suyu düzəldilir? Bunu ölçədək, təbliğ eləyək. Aha, bunu kəsçilən atmayacaq, bunu kəs qaççının meyvə suyu və qoyçının işinə. Bu bizə bir təbliğat özü iş yaradacaq. Çünki bunu təbliğ eləsək, millət bunu adət eləsə ki, bunu şey eləyək, ondan sonra bunu biz saparıq, satarıq. Çox da xərci yoxdur. Dedim, şüvərəni məsələn, İnanın, bəzi o cürülərin, bardaqların üstünü vururuq, o şüvərəndən atırıq eşiyə. Onu əhsaq, Türkiyənin, İranın şüvərəni verir. Gedək, biraz ağıllı fikirləşək. Çox sağ ol, əziz dostum, Duman bəy, təşəkkür edirəm. Mən istirdim qutaram, siz də səlaməlik elədiniz. Çoxdan da başlamışam, özüm də yoruldum, dostları da yoldum. Çoxdan idi ki, bu uzunluqda danışmamışdım. Dərdim də çox idi, amma çox dərdim bu çünki bu səbziləri eşiyə atmaq və geri qalmışlıq haqqında idi. Biz geri qaldığımız üçün, beynimiz geri qaldığı üçün çox-çox üzr istəyirəm dostlardan ki, qulaq asırlar. Ahmaq olduğumuz üçün sərvətimizi öz əlimizin atırıq ora. Farslar desinlər ki, bizim sizdə bedər bizimdir, bayram bizimdir. Eşəsin yerindən dibindən olmasın, sizin olsun. Mən neyinirəm axı? Niyə mən iqtisadda gedim qabağa, sən tarixdə qal. Sən bayramda qal. Sən Novruz mənimdə orada de qal. Mənə nə? Mən sənin məsulun deyiləm, sən tol səət apasan. Mən öz millətimin və özümün məsuluyum. Hər halda, gecəz xeyrə qalsın, iliz xoş gəlsin. Milli mədrəsəni yadınızda saxlayın, yazın, təbliğ eləyin, dostlara tanıtdırın. Hələf elə fəqət bu adı tanıtdırın. Milli mədrəsə. Kimlər üçün? Dilsizlər, işsizlər üçün milli mədrəsə.
Bunu yayın, sayın, təbliğ eləyin. Bu fikir millətin arasında girsin ki, bizim tezliklə milli mədrəsəmiz olacaq dilsizlər üçün, işsizlər üçün. Dilsizlər, işsizlər üçün milli mədrəsəni şüar eləyək, təbliğ eləyək, özümüzə bir vəzifə bilək. Hər kəs, hər nə başarır, burada örg edəcək. Hər kəs özü müəllim ola biləcək. Hər kəs profesor ola biləcək. Və millətimizi hamımız birlikdə aclıqdan çıxadacaq, pulsuzluqdan çıxadacaq inşallah. Güclü, pullu, sərvətli, ağıllı millətə çevirəcək. İnşallah. Sağ olun, sağ qalın, gecəniz xeyirli qalsın. Nə mənə, bəy özürlər sayın məni, amma biraz acıqlı danışsan gözəl olar. Bilirsiniz, mən də bəzən deyirəm ki, adam çox acıqlı danışanda yaxşı olur, amma biz insanlar bizim bacı qardaşlarımızdılar, uşaqlarımızdılar, dədələrimizdirlər, nənələrimizdirlər. Qocalmış nəslən işimiz olmayacaq. Onlar mənim dədənənəm qocalıblar. Nə işləyə bilirlər, nə bir iş görə bilirlər, nə də təsirləri olar bundan bu üzə, toplumda. Onlar gözləyəcəklər Nobelər gəlsin, Allahın rəhmətinə keçsin. Biz o nəslə işimiz olmalıdır ki, bu vətəni düzəldəcəklər. Onları da qaçırtmayacaq. Onları ilə farslar indi imkanlar veriblər. Səncə dərs oxu, sənə iş verəcəyəm. Hamı gedir, dərs oxu. Pulları tökürlər danışqaha, Azada danışqaha, Peyamnura danışqaha, Nəməniyə danışqaha, fulana, bəhmana. Çıxırlar, qalır işsiz. İş yox. Qızlar, oğlanlar gedirlər, müftə işləyirlər. Mən xanımlar eşitmişəm ki, xanım, müəllim xanım, bazinşəst olub gedib ayda 4 milyona işləyir. 4 milyona. Bu dərddir, dərddir, dərd. Lisans, fol, lisans adam gedib ayda 4 milyona işləyir, çünki iş yoxdur axı. Neynəsin? Amma biz deyirik, necə işi düzəldək. Elə o xanıma, o ağayır, yaxşı ki, ağa müəllim, xanım müəllim, usta danışqa, cənab filan kəs. Ağa, beləsi iş eləmək olar ha. Bizim, əlbəttə, mənim zehnimdə Təbrizdən bir təcrübə var, Sofyan şəhərindən bir təcrübə var. Onun üstündə bir növ bancın üstündə danışacaq ki, millətimiz hər 10 nəfər, hər 50 nəfər yığışıb bir bank qura bilər, özü, hər kəsən öz növbəsində onunla bir iş görə bilər. Danışacaq, bu cür bir şeyləri yavaş-yavaş danışacaq, millətimizin dünyada olan təcrübələrdə bildiyimiz qədər. Məsələn, mən Kanadadayım, biri Amerikadadır, biri Suedlədir, biri Suislədir, biri Danmarkdadır, biri Fənlandadır, hər bir yerdədir. Onları danışacaq, onları gətirəcək, danışsınlar, fikirlərini desinlər, nə cür iş qurmaq olar. Əvvəl iş, məncə əvvəl iş. Sağ olun, əziz dostlar, təşəkkür edirəm. Var olun, görüşərəm. Hələlik. Mən bunu başarsam ki, nə cür eləyəcəm, gözəl olar. Fikirlərim buradan olacaqdır.